Selamünaleyküm Yunus Bey Şamili cənabları. Selamünaleyküm. Aleykümselam. Aleykümselam. Sağ olun, var olun. Amma keçək federalizmə ki, sizin partinin təxəssüsü və demək olar ki, ideolojisi haline gəlmiş bir vəziyyətdir. İdeolojidir ya yox? Federalizm əsla ideoloji deyil. Əsla ideoloji heç də əlaqəsi yoxdur. Federalizm bir stratejidir, siyasi stratejidir və zərurətlər və müəyyən şəraitin analizindən və fərqli faktorların oluşumundan bir strateji çıxmaq lazım. Yəni bir siyasi strateji, bir siyasi partiya və ya siyasi hizb tərəfindən meydana gəldiyində fərqli analizləri, sosial, siyasi, tarixi, kültürel durumu, ekonomik durumu analizindən sonra onların oluşumundan bir hara vara bilərik deyə, hansı alternativlər vardı deyə və hansı əlverişli deyə bir strateji seçir. Yəni çox dinamik bir faktordur strateji. Strateji dəyişən bir şeydir. Yəni müəyyən şəraitə görə bağlıdır. Yəni bu gün müəyyən şəraitdən analiz və müəyyən bir strateji ona qurmaqdır. Şərait dəyişdiyində sən yeni analiz və yeni strateji. Stratejilər qısa müddət, orta müddət və uzun vadeli ola bilərlər. Ona görə strateji əbəda ideolojiyə dəxli yoxdur. Bence müstəqil bir yol xəritəsi deyə adı qoymaq olar. Tamam. Və çox dinamik modeli var. Yəni değişilən bir faktordur. Siyasət əsasında bu cür bir şey. Yəni hər bir şey yeni bir şəraiti değişilirsə, yeni analiz və hər partiyanın tərəfindən yeni taktik və ya strateji qurulmasına düşünmək lazımdır hər zaman. Doğru. O bəhslərə gələcəyik, amma federalizmdən sizin partinin, çox bir yeri federalizm var dünyada, siz də dünən işarə buyurdunuz. Federalizmdən sizin partinin tərifi nədir? Baxın, Cəval, təşəkkür sualdan. Federalizmin əlbəttə ki, çox çeşitliləri var. Yəni federalizm bir ölkədə qurulduğunda oranın özel şəraitinə bağlı olaraq qurulmaqdadır. Yəni oranın siyasi, ictimai, kültürel, iqtisadi vəziyyəti, iç siyasətləri, tarixi siyasətin oluşumu əsasında qurulan bir siyasətdir. Yəni onu qabaqcadan təyin etmə deyil. Bir də orada güclərin dəngəsinin, yəni güclərin balansının nəticəsindən meydana gələndir. Yəni nə gücdə onu hangi güclər onu əldə edirlər ya etmirlər, orada biraz fərqlənir. Amma genel baxımda o federalizmin tərifi və formu çox fərqli deyildir. Yəni qalıb ki, biz, yəni klasik tərif var, klasik tərifi meydana qoyulur. Amma biz onun klasik tərifini nə qədər o qədər əldə edə bilərik, nə qədər ondan az əldə edə bilərik, əgər gücümüz az olsa, nə qədər ondan çox əldə edə bilər, gücümüz çox olsa. Məsələn, federalizmdən də bir qədəm məsələ konfederalizmə tərəf o güc balansına ya güc dəngəsinə gələn bir şeydir. Ona görə biz indi yəni klasik formada federalizmdən tərif məsələsi meydana gələndə bir dövlət yönetim sistemidir ki, orada güclər mərkəzi dövlətlə yerel və ya bölgəsəl dövlətlər arasında paylaşılır. Bu bu federalizmin mərkəzi dövlət və yerel bölgə ya yerel dövlətlər ya bölgəsəl dövlətlər arasında paylaşılan yetkililər və sorumluluqlar fərqlidir. Məsələn, ümumiyyətdə mərkəzi dövlətə federal sistemdə genel yetkililiklər, məsələn, deyək, xarici işlər, xarici siyasəti, ya dış işlər siyasəti və ya pul siyasəti və ya müdafiə siyasəti kimi, yəni genel sorunlar, sorumluluğu mərkəzi dövlətə verilir. Ondan qalan siyasətlərin hamısı yerel dövlətlərin vasitəsilə əməl olur. Məsələn, deyək, sağlamlıq haqqında siyasət, eğitim haqqında siyasət və bu kimi siyasətlər
yerel dövlətin ixtiyarında qoyulurdur. Siz də Kanadasınız, onun misallarını yaxşı bilirsiniz. Amma federalizm sistemi haqqında biraz daha bir 3-4 tane de cümlə deyim, daha yaxşı olsun. O tərifi biraz daha təkmilləşsin. Federal sistemində, federal bir yönetim veya sistemdə bir ölkənin çeşitlilik olduğu durumda, mesela etnik, milli çeşitlilik durumunda en uygun bir siyasi sistemdir ki, eləyə bilər o çeşitliliğe bir çözüm bulsun ve onun çözümüdür diye ele almaq olar. Yani çeşitliliğe bir çözüm ve həllidir. Eyni halda federalizmin başka yönlerine tərifini artırabilirsək, belə olacaq ki, federalizm siyasette o güc mərkəzlərinin çox çeşitli olmalarına görə, yəni eyalətlərdə ya bölgələrdə dövlətlərin qurulduğuna görə, çoxlu siyasi mərkəzlərin qurulduğuna görə xalqların, insanların siyasətlə yaxından uğraşmasına səbəb olur. Yaxından siyasiyə müdaxiləsinə səbəb olur. Və o cəhətdən də bugün mövcud siyasi sistemlərin içində daha demokratik bir siyasi sistem veya yönetim sistemi sayılır. Çünkü ne kadar xalqlara, insanlara bir sistem yaxındırsa ve ne kadar insanlar o sistemde müdaxilə edirsə, o kadar o sistem demokratik diye adlandırmaq olar. Bu, yani genelde federalizmden bir tərif kimi sizin xidmətinizə suna bilərəm. Çox sağ olun, teşekkür edirəm. İranda federalizm ola bilərsi varmı? Yəni imkanpəzirdir. İranda federalizme bir şans var. Çok yani imkanlı şans var. Ben biraz bunda diyeyim ki ben siyasi analizlerde biraz ehtiyatlıyım. Teorik baxımından, teorik sahədə federalizmi İranda %100 əməli olmasına imkanı var. Mesela bunu diyeyim ki, mesela Türkiye ile kıyas edersek, Türkiye'de federalizmin imkanı olması təqribən sifrə də yenə bilir. Məgəlin ki, Türkiye'nin iç siyasetinde çok değişiklik olsunlar, çok güzəştə getsinlər diye mərkəzi devletten fikri sistem değişilsin. Çünkü orada mesela deyərlər Kürtlər 20-25% cəmiyyət təşkil edir ve onun karşısında olur 75% mesela diye başkaları ve o 75%'inde 70% belki Türklerdiler. Ona göre orada çok geniş vasıtada Türklerin geniş olması için yani hukuki organda yani mecliste onların yani o 70%'in daima üstün mövqe olması ve güçlü olması belki Türkiye'de federalizmin gerçekleşmesine fırsat vermiyor. Ama teorik açıdan İranda vəziyyət elə değildir. Vəziyyətdə, yani cəmiyyət cəhətindən İranda Farsların, mesela onlar deyirlər Farsların 30, yani dediklerine sözlərə görə 30% cəmiyyəti. Ama biz bilirik ki o değil, yani ondan çoxdur. Yani deyək ki 40%'dir, belki de 45%. Yani bir de bu Fars meselesinin olması da bu zehniyyət meselesidir. Yani kim mərkəzə səs verəcəkdir diye. Mesela Türkler var ki mərkəzinin düşüncəsinə səs verirlər. Onları da Farslarda, yani Fars toplumundan hesab etməyimiz gerekir. Ama teorik açıdan cəmiyyət sayı baxımından hatta deyərəm ki qeyri-Farslar deyəndə mesela Türkler, Kürtlər, Bəluçlar, Ərəblər, Giləklər, Mazilər, Lorlar bunları saydığımızda en azı %60'ı təşkil edir. Yani o deməkdir ki, cəmiyyət açısından, əgər o cəmiyyətlər özlərinə səs versələr, yəni öz hüquqları açısından səs versələr, gələcək İranın müəssis məclislərində 60'a qədər bu xalqların səsləri ola bilər. Əgərsə 50'dən geçmiş bir səs olursa orada, yəni 51'dən ta 55 faizə qədər İranın gələcək müəssis məclislərində federalist olursa ki, imkanı var teoriken dedim de ədəd baxımından balans vardır. Hatta balans ağırdır da qeyri-fars xalqlara, ama orada mümkündür federalizm. İranda mümkündür teoriken. Fakat fərqi budur ki, biz yani bu xalqların arasında deyək mesela Kürtlər, deyək Türklər, ələl-xüsus Türklər, ələl-xüsus burada biraz Türklərə yeni bir pəncərə açaq.
ələlxüsus türklər üçün çox böyük bir cəmiyyət təşkil edir. Ələlxüsus mərkəz, yəni mərkəzdə Azərbaycandan sonra başqa bölgələrdə. Əgərsə deyək türklər 40 cəmiyyətin %40'ıdırlar, həqiqətən %40'ı məclisə göndərə bilərlər. Yəni %40'a dayanan məclis nümayəndəsi göndərə bilsələr ora, yəni məclisə, müəssis məclislərə, qətən və qətən İranda gələcək məclis, yəni Kürdləri, Bəluçları, Ərəbləri və demokratların sayılarını mərkəzdə hesablayıb, qətən 50'dən yuxarı bir orada səs gətirmə imkanı var və əgər 50'dən yuxarı səs gətirmə imkanı olsa, qətən mütləq demokratik hüquqları İranın gələcək anayasasına yerləşdirmə olar. Yəni, demək olar ki, sizin cavabınızda bəli, İranda teorik federalizmi gerçəkləşdirmə imkanı var, amma qalıb ki, bizlər, yəni biz deyək, Bəluçlar, Ərəblər nə qədər öz xalqlarının səslərini ala bilərlər. Yəni, türklər türk partiyalara ya türk xalqının mənafeyinə çalışan insanlara səs verir o milli məclis, yəni o müəssis məclislərə versələrsə olur, verməsələrsə o da bizim yəni axsaqlığımız hesab olacaqdır. Olasılığın neçə faiz görürsünüz? Məsələn, imkanpəziri bu şəraitdəki partiyyalar müxalifdirlər, mərkəzi güclər müxalifdirlər filan, bunları nəzərə alaraq neçə faiz imkan verirsiniz ki, gələcəkdə federal qurula bilər? Olasılıq qəşəng bir sözdür, yəni gözəl bir kəlmədir. İşlətməyimiz türk sözləri danışığında nə qədər imkan varsa işlədək, amma başa düşülsün, o çox gözəl olur. Ehtimaldır da, ehtimal sözü. Bəli, ehtimal, yəni farsça şeydir də, yəni bizimkində təxmin və ya olasılıq sözləri işlənir. Bəli. Azərbaycanda təxmin işlənir və ya Türkiyədə olasılıq işlənir. Yaxşı, məsələ budur. Nə qədər imkan vardır. Biz bugünkü mən bunu görürəm, bugün biz o güc sahibi deyilik, türklər olaraq ki, yəni mərkəzciralığın, mərkəzçiliğin qarşısında duran ən qüvvətli, genişli qüvvə sahibi olan türklərdir İranda. O da İranda, yalnız Güney Azərbaycan, Azərbaycan, Tehran, Kərəz və kantonlar və yəni bu azınlıq formada yaşayıb, şəhərlərin içində yaşayıb. Çox geniş formada. Biz xalqımızın, yəni bugünkü durumcu görürəm, yəni bizim təbliği vasitəmiz, əbzarımız əlimizdə yoxdur. Məsələ, İran International kimi bizim bir televizyonumuz olmalı lazımdır. Əhməd Obalı kimi televizyon biz istəmirdik. Və ya hətta bu birisi televizyon... Mümkün də ad gətirməyin özünüzün düşüncələri. Tamam, ona bir daha mənfi, tamam, üzr istəyirəm, bir daha mənfi aldım. O birisi televizyon kimi də biz televizyon istəmirik. Biz partiyalara televizyon qoymaq istəmirik. Mən yalvardım ki, bu televizyonu Azərbaycanın və türklərin televizyonu eləyin. Hizbizin, istiqlalçılığın televizyonu eləməyin. Bu televizyonlar xalqımıza göndərməlidir. Milli maarifləşməyə istifadə etməlidir bu sözlər. Amma kimsənin qulağı bu sözləri eşitmədi. Bu sözlər indi deyil ha. 15 məsələlər cidayələrdən geçək. Yəni, siyasi parti, siyasi imkanın yaradır. Baxın, o adamlar, baxın, indi tarix keçibdir. Necə biz otururuq deyirik ki, Qacarların bəcərisizliyi bizi bu günə saldı, xalqımızı zəlalətə saldı və onlar eləyə bilər də türkçülüğünü dövlət səviyyəsində rəsmiyyədə tanıtırsınlar. Biz heç zaman fəlakət çəkməzdik onda. Bir ikinci, ən azı İran dövləti ikinci bir dövlət olardı. Amma sual soruşmalıyam cənabınızdan. Çünki yetişməyən cinsiyetişə bura. Qoyun bunu tutarım, ondan sonra sözlər. Necə biz onu tənqid edirik? İndi də biz geçmişdə, geçən 20 ildə hangi yanlışlıqlar, hangi xətalar etmişik, buna baxmasaq kinə islah eləməyəcək abi. Kinə indi bir televizyon quracaq, o televizyonu aparacaq, hizbinin televizyonu eləyəcək. Biz rəsmən televizyonlardan sansor, bax, mənim səsim televizyondan sansordur. Yalnız o zaman məni çağırırlar bu televizyonlara ki, o televizyonun sahibi ilə o mövzuda bir məsələdə həmərlidə olsa məni çağırarlar. Ondan sonra məni çağırmazlar. Biz, yəni, qulaq asın, bunu eşitmək lazımdır. Bu lazımdır. Mən o televizyonların aparıcı jurnalistləri deyək da, bərnamə aparanların qulağımla mənə deyiblər ki, yəni, bura qoymayacaqsınız, bura Şamilli televizyon olsun. Bura Şamilli televizyon deyil. Yəni, ayda bir dəfə, 2 ayda bir dəfə danışsaq və yetər. Yəni, bizim öz televizyonumuz, bizim səsimizi sansürlərsə, bu faciədir. Ona görə deyirəm, televizyonunu biz bir media axtarırıq ki,
xalqımıza yayılsın, xalqımıza söz desin. Yəni bir hizbin stratejisi, o hizbin xəttin aparmasın. Sizin parti mediasını da yaratmağa gerək çalışır. Yəni bu cür deyil ki, bir ayrı parti özünə bir şey yarada, səs. Və siz nəzəriniz ola ki, onlar bizə vaxt versinlər. Bu cür baxmayın. Biz məsələsi. Yəni hər siyasi parti öz mediasını yaratmağa məcburdur. Siz mənə qulaq asın bu sahədə. Deyək ki, bizim bir dənə bir media imkanımız vardı. O media imkanı... Sizin media imkanınız yoxdur. Yox. Bir dənə partinin bir media imkanı var. İcazə ver. Deyək ki, bir dənə media imkanı vardı əldə. Bu media imkanı sahibi istiqlalçıdır ya federalçıdır. Amma bu adam ki media göndərir, o bilir ki, bu toplumda hamı federalçı ya hamı istiqlalçı deyil. Bunu bilir ki, bax, mən əgər federalçıya göndərsəm, onda o birisi kəsimlər ki, başqa düşünürlər, o bundan yəni lazımi bəhrən almayacaq. Burada hər kəs olmalıdır. Cavab Şamili, bu bəhs çox ciddi bəhsidir və mənim də nəzərim budur. Bilirsiniz ki, baxın, mən şəxsi nəzərimdə deyim. Hər media, məsələn, farslar media yaradıblar, Kürtlər media yaradıblar. Niyə çağırmırlar sizi? Yəni sizi yox. Niyə heç birisini çağırmırlar? Yəni farsların mediasında siyasilər qədəxandılar. Yəni o siyasilər ki, o parti, o medianın ya o hətta parti, baxın bir farslıq özü bir partidir. Necə şəriətinin bir kitabı var, gözəldir. Şiə özü bir şeydir, hizbi siyasidir. Farslıq özü bir hizbi siyasidir. Belə görməlisiniz. Farslıq özü bir hizbi siyasidir. Onun da əsasında faşistləri var, şovinistləri var, mərkəzçilikləri var. Onda əgər o düşünürsünüz ki, Türklük də bir siyasi parti olardı da. Bəli, Türklük bir siyasi partidir. Ben niyə televizyonlarımızda o münəqis olmur? Baxın, yenə mən qeydim sözə. İstəmirim bu bəhsi davam edək. Amma istəyirəm deyəm ki, hər bir siyasi parti öz mediasını yaradar. Bu dünyanın hər yerində şimdi. Yəni mən siyasi medyadan danışmıram. Mən siyasi hizbi mediasından danışmıram. Siyasi hizblər media yaradırlar. Baxın, Azərbaycanda da siyasi hizblər media yaradırlar. Yəni, məsələn, adın təxmiyyəti yox, amma hər mediaçı görürsünüz, bir dana siyasi partinin səsidir. Tamam? Burada sizin də media partiniz öz mediasını yaratma. Amma eyni şeydə İranda məsələn çoxlu səslər var. İran adlanan siyasi varlıqda bir çox səs var. Partilər var siyasi. Amma onlara da medialarda yer vermirlər. Hətta fars medialarında. İndi buradan geçək. Çünki bu əslən şeyə rəddi yoxdur. Bu hər halda biz qeydək suala. O sualın haqqı buyur ki, bu sual buyur ki, biz əcəba ehtimal vardır. Olasılığı nə qədərdir? Yəni, bugün olasılığı istəsək baxaq, bugün olasılığı federalizmin çox zəifdir. Bugün İranda iqtidar dəyişirsə... İstiqlalla müqayisədə nə qədərdir? Olasılığı var. Elə yəni istiqlalın olasılığı nə qədərdir? Sizin tərəfsiz burada istəyirəm. Ha, burada partiya ünvanında istəmirəm. Tərəfsiz olaraq baxanda İranda bugünkü vəziyyətinə, yəni radiolar, televizyolar, bunun vəziyyəti ilə istiqlalın olasılığı nə qədərdir? Federalizmin olasılığı nə qədərdir? Baxın, mən çox elə bir aydın misallar cəhətdim bu federalizm istiqlal məsələsində. Əgər mən deyirəm ki, federalizmdə olasılıq, yəni ehtimal yoxdur, yəni istiqlalın adını gətirmək olmaz onda. Mən sizə bir dünən misal cəhətdim, dedim ki, icazə ver, qoy binam qutu, qoy bunun misalı qutarsın. Mən dünən dedim ki, biz iki binalı, yəni biz bir binalı materialımız, bina düzəldir, iki təbəqə, ikinci təbəqə istiqlaldır, birinci təbəqə deyək federalizmdir. Bizim bir təbəqəyə materialımız var deyirik, sonra deyirsiniz ki, bir təbəqəyə sənin materialın var. Mən də ona ayrı cür baxıram da, mən də ona ayrı cür baxıram. Deyirəm, bizim bir təbəqəlik materialımız var. O da istiqlaldır və ona gedirik. Yəni, əslində federala sərf eləmirik vaxtimizi. Siz bu məntiqi istiqlalda biraz zorakılığa üz gətirirsiniz. Yəni, federalizm olmayan yerdə mən dünənlər çox genişlər üflədim ki, federalizm olmağına nə qədər materiallar var. Mərkəz var, Kürtlər, Ərəblər, Bəluçlar, demokratlar, hətta belə mərkəzin mərkəzdən özü... Mən də cənabıza dünənlər ərz elədim, bu güncənə də ərz eləyim ki,
Baxın, indi siyasi alana baxaq da, yəni siz ki buyurursa bir millətin 5% siyasi olan. O siyasi alana baxanda görürük ki, Azərbaycanda bir dana federalist təşkilat var. 11 dana məsələn, ya 12 dana istiqlalçı təşkilat var. Məsələn, şeylərə baxanda, Qəşqaylərə baxanda istiqlalçı təşkilat var. Türkmənlərə baxanda istiqlalçı təşkilat çoxdur. Təşkilat bir danadır. Ərəblərə baxanda bir dana, iki dana ərəb federalisti var, amma qalan hamısı istiqlalçıdır. Bəluçlarda bir dana federalisti var, qalan hamısı, məsələn, 3 dana siyasi, özdə güclü siyasi. Yəni, məsələn, federalistlər bir dana hərəkət yaratmağa imkanları əsla yoxdur. Siyasilər, məsələn, Azərbaycanı çıxsıq kənara müsəlləhanə savaşdırırlar. Məsələn, gedir Sipah-Pasdaranın şeyini alır. Onun mən sizə cevabını vereyim. Siz fikirləyirsiniz ki, onlar çoxunluqdadır. Onun cevabı, mənim cevabım odur ki, 100 il əsarət və 100 il baskı və 100 il sansorun nəticəsində biz şimdi milli maarifləşməyə düşük istiqlalın şüarı verir, təcrübəsizliğin ta kendisidir ki bu şüarı verir indi. Bakın bizim siyasi grupların içinde kütler hamıda bir dakika kütler bu harekatta hamıdan yani tecrübe bakımından yani tarihleri de uzundur biraz. Tecrübe bakımından kütler. İndi bakın görün kütlerin yani ben o soruşmağımda bir kütlerden soruşmuştum. Bir de Bəluçlardan. Ki demişler Bəluçlarda 2 tane İstiqlal Parti var. Bəluç kütlerde bir tane. Yani ister soruşun. Yani bakın tecrübeli kesimlerde siyasette orada İstiqlalçı Partiyanın en az formu var ve aslında tanınmış değil. Kimse tanınmış. Ama federal gücler çok. Bizimkilerde ama bizde hele uşağımızın memlekette adını bile ad koymağa Türkiyədə imkanımız yoktu İstiqlal şöhrü. Məncə mənim şeyim budur ki bu təcrübəsiz. Radikalizm əsasən təcrübəsizlikdən qaynaqlanan bir faktordur. Ki biz bir şey istəyək ki, deyirsiniz ki federalizm olur, federalizm olur, bəs istiqlal olur. Yəni bu sualı hər kimə verirsəz, siyasət bilən adama, deyəcək bu federalizmə ki, məmləkəti qırmayacaq, bir dəqiqə, məmləkəti qırmayacaq, məmləkəti sındırmayacaq çıxsın eşiyə. O içində bir iş görənmir. Sən bizə məmləkətə ayrıcıq o olar. Tamam, nəzərlərini danışırıq. Amma vaqiyyət siyasi alana baxanda mən siyasi alana baxıram. Yəni o meydan ki orada indi siyasət gedir, siyasət fəaliyyət gedir, ora baxıram. Yəni millətə hələ baxmıram. Mən millətə baxanda məsələn traktorun müsabiqələrini görürəm. Mən şeyə baxanda məsələn 85-i görürəm. Mən yox, işimiz də ora baxırıq. Sən də ora baxsan, mən də ora baxıram. Amma indi məsələn Əhvazda olan siyasi təşkilatlar ki istiqlalçıdırlar. Cəbhə Azadi Bəxş Əhvaz, Cəbhə Ərəbiyyə Azadi Bəxş Əhvaz, bir dənə ərəbisi bunun kəlməsi izafədir. Cəbhə Demokratik Mərdumiyyə Əhvaz, Hərəkət-ü Nəza ki bu iki yerə bölünübdür. Biri ehtimalən biraz federalçılaşdıqdır, biri istiqlalçıdır. Bilirsiniz. Cünbüş Azadi Bəxş 15 Nisan azadlıq şey üçün Bəray Əhvaz, Cəbhə Demokratik Əhvaz. Bunlar istiqlalçıdırlar. Bəluçlara baxanda icazə buyurun birincisi Əbdülnasir əgər iştibah edən Əbdülmalik Ricinin rəhbərliyi ilə olan təşkilat bölünübdür əlbəttə. O təşkilatla Ceyşul Ədl olaraq indi siyasi və müsəlləhanə savaş aparır istiqlal üçün. Bəluçistan Raci Rəzmbəxş, Zərmbəxş, Zərməş. Bunların adları Zorunbeşdir adı onun. Zorunbeş. Mən bağışlayayım. Bu Bəluçi adları gəlmişdirəm ki, hindi dili. Bəluçlar var. Ona görə qalıram. Zorunbeş Acuiye Bəluçistan. Mən yenə də bu hindiliyə yaxındır da bilirsiniz. Bunları dillər çünki hindilə bağlıdırlar. Zorunbeş Azadi Bəluçistan FBM. Və özümüzdə də ki bilirsiniz daha nə qədər şey var, istiqlal var. Yəni istəyirəm ki, o 5% ki ad aparırsınız, o 5%-in 6%-i istiqlalçıdır. Yəni ya bəşliyim, mən o cəsi dedim biraz gülaz, amma o 5%-in deyək ki 90%-i istiqlalçıdır. Siz fikirləyirsiniz. Yox da, mən alana baxıram. Azərbaycanda
12 dənə deyək parti var. 12 partini mən dəvət eləmişəm. 12 partinin biri istiqlalçıdır. Üzr istəyirəm. Biri federalçıdır. Qalan partilər hamısı istiqlalçıdır. Yəni mən soruşabilirəm. Bir sual soruşabilirəm. Bəli, təbii ki. Ona görə biraz bu sahələrdə formalizmi deyil, köklərə baxmaq lazım. Sizdən sual verirəm. Bu təşkilatlar, Azərbaycanın bir aktivistləri var. Məsələn, deyək ki, traktorda görürsünüz, o yanda, bu yanda təzahüratda aktivistlər var. Azərbaycanda bu milli fikir daşıyanlar var. Bu təşkilatlar ki, adını çəksiniz 10 dənə, 15 dənə, 12 dənə, neçə dənə bu cəmiyyətin üzvlərində nə qədər üzvlər var? O qədər ki, sizin də üzvünüz var. Yox, 1% üzvü var. Onların aktivistlərin. Sabahları onu deyərəm. Aktivistlər, yox, siz büyünü deyirsiniz, büyündən danışırsınız siz. Sabahı biz bilmirik. Bu günləri mən deyirəm ki, siyasi alana basıram. Baxın, mən siyasi alan deyirik da, siyasi alana baxanda deyirəm ki, bir nəfərlər var, bireylər var, bəlli adamlar. Yəni, məsələn, cənabınız da dünən apardınız, filan məcəllə çıxır, filan şey çıxır. Bunlar çox bireydilər da. Bir də gəlirik şeyə var. Məsələn, təşkilatlar var. Siyasi alanda. Mən biriyəm. Mən özüm istiqlalçı biriyəm. Cənabınız partisiz. Fərqiz məndən bu deyil. Mən partilərə baxanda cənabınız burada, məsələn, mən dəvət elədiyim bu programa hüquqi şəxsiyyətlər, yəni partilərdir. Cənabınız da mən bəzdir. Sizin indi bu danışıqlarınız hamısı fəqət bir təbliğisi var. Yəni təbliğ edirsiniz. Yox, təbliğəsini eləmir. Baxın, yəni siz mən sizə Azərbaycanın, mən sualı verməzdim ha sizə bu sualı. İndi siz çox danışdı deyirəm. Azərbaycanın aktivistləri, milli aktivistlər, onlar ki Türk olmalı, milli kimliyinə ağalıq tapdılar. Neçə dərsədi bu partiyada? 1% bu partiyalarda vardı. 1% imkanı yoxdur olsun. Hətta 1% də bu partiyalarda deyil. Mən oraya keçmirəm. Əslində oraya keçmirsiniz. Siz də bilirsiniz ki, bizim içəri ilə irtibatımız mən qulaq as, mən bir partiyam, düz deyil. Amma gəlin sən mən içəridə nə qədər istəyirsiniz Azərbaycanın və Türk fəalların, aktivistlərin, zindan edənlərin, məcəllələr çıxardanların, dərgi çıxardanların adını aparın ki, orada ocurdular. Yəni, mühüm adamdılar, xət verən adamdılar. Xət verən, düşüncə sahibləri. Amma vaxtimizi burada öldürürük. Çünki bu bəhs. Ona görə cəmbi təbliğ. Baxın, indi sizin sayınızda bir nəticə aldım. Ki, ərəb toplumu da Azərbaycandan sonra ikinci siyasi təcrübəsiz cərəyandır. Əgərsə o qədər istiqlal tələb var. Daha versaq beləsi doğrudur. Yəni, siyasi keçəcəyimiz yoxdur. Amma bu anlamda deyil ki, siyasi deyilik. Yəni, bir siyasi düşüncəmiz var. Ələn cənabımızın siyasi düşüncəsini danışırıq. Yəni, cənabımızın yox, partinin siyasi düşüncəsini danırıq. Öncədən Salih bəy Yıldırım cənabları lideri olaraq Güney Azərbaycan İstiqlal Partisinin düşüncəsini danışmışdıq. Sabahları da, sabah yox bir gün, o birisi Azərbaycan Mərkəz Partisinin düşüncələrini danışacağıq. Yəni, biz indi burada həm bir təbliğatdır əslində, siyasi bir təbliğat edirik. Amma burada heç partini də təbliğ eləmirik. Görürsünüz ki, parti təbliğ biz, yəni sizlə mən danışıram. Məsələ də, yəni o yox. İstəyirəm o deyim ki, baxın, meydana ikimiz də onu görürük da. 2 dənə meydan yoxdur, bir dənə meydan var. Doğrudur. Fəqət amma 2 dənə gözlük var burada. Bu gözlüklərin hamısı realistlər, o söhbət var. Yəni, bu da ayrı bəhsdir. Mən ona görə deyirəm ki, onun üzərində adları ki, sayısız partiyaların adı, mən məcbur olaram sizə sual verim ki, hani orada 50 dənə partiya sayın, hərəsinin əgər 5 dənə, 15 dənə, 20 dənə üzvü vardı və məsələn 50 dənə üzvü vardı deyək, 50'sini cəm eləsəm, məsələn traktorda gedilir orada, məsələn 70 bin adam gedilir orada, məsələn 60 bin, 70 bin adam olur. Məsələn deyək ki, 10 dənə partinin hərəsinin 50 nəfər olar, 500 nəfər. 500 nəfəri bölü 70 minə görə neçə faiz olur onun? Fəqət traktora gedənlər, xalqın yox. Görəsən onun heç bir faizi də olmaz. Amma siz qulaq asın. Yox, qulaq çox mühümdür. Baxın, siz onda ad sayısınız. O 10 dənə ad, o traktora gedənlərin bir faizi olmur. Xalqın yox, traktora gedənlərin. Şuarlar ki verirlər, görürük istiqlal şuarıdır. Mən bura görə deyirəm. Yəni traktorun mən aşığı deyirəm ki, mən futbolda deyirəm. İstiqlal şuarı, nə istiqlal şuarı verir? Məsələn, Azərbaycan is not İran.
Adam gelir İranı da çəkir. O istiqlalçı şuardır. Tamam. Tamam. İki Azərbaycan biri olsun, mərkəzi Təbriz olsun. İstiqlal şuarıdır. Yani bu istiqlal şuarıdır. Türkçülük şuarıdır. Yaxşı. Bakın. Şuardır da, yani istiqlal. Bakın siz Azərbaycan var olsun, istəməyən kör olsun. Azərbaycan var olsun, istəməyən kör olsun. Bu kimi hədəf tutubdur? Bu İran'a hədəf tutubdur. Mənə hədəf tutubdur. İndi dikkat edin. Biraz o mevzularda tamam. Bir tane o plakartı aparı içeri onu yayır orada İran Elizabeth Perşya. Onu 2 ve 5 nefer yaparlar. Onlar apardı 70 bine var mı ki? Görürsünüz ki o mesela plakardın dalısında adamlar şu mesela deyir. Çağırsan gələrəm mən sən yaşa Azərbaycan. Bunu şey demir ki. Mesela 3 nəfər demir ki. Bunu bir stadyum oxuyur. Olsun Azərbaycan söhbətdə. Bakın bu bir daha istiqlal şuarı var orada. O da İran'dan dilərə gəldi. Mən keçən ərz elədim. Şuarı verəndə bilirsən, Traktorda ırgıcı şuarları verirlər. Traktorun şuarında rəsmən ırgıcı şuarları verir. Onlara kim sahib çıxacaqdır? Ki rəsmən mən sahib çıxıram. Onlara mən sahib çıxıram. Mən sahib çıxıram. Çünki deyirəm bu bir dənə əksül əməldir. Irqıcılığın qabağında özünə devam deyir, sən əgər Farssan, mən də Türkəm. Qutuldu getdi. Yəni bunun məsuliyyəti də bizə gəlir əslində. Yəni siz də bundan qaçanmazsınız ki. Deyənməsən ki, mən federalistim, qaçıram bundan. Qaçanmasan. Çünki orada o adam əgər bir həkk istəyir... Irqıcı şuarı verir, ondan himayət edəcəksən ırqıcı şuardan. Bəlkə İran İslam... Yəni İranın vizarət ittilatının 50 nəvəl yıxıb oraya ırqıcı şuarı verirsə, sən ona himayət edirsən. Bizimki deyək sana. Əgər qərar o cür gedəsiz, onda əslində gəl içəriklə irtibasını qət edəyəsiniz. Bu da bir baxış. Yox, o cürdə deyil. Tarixli adamlar var. Tarixli adamlar var. Əsla o cür deyil. Herkesin yeri bəllidir. Orada da adam yox, bir dənə təvəkkəli sən bilmirsən kimdir. 5 tane cavan, 10 tane cavan girişində orada ırqıcı şuarı verirlər. Məcbər Fars deyirlər. Buna görə dedim, bu bəhsə girməyək. Çünki orada vaqiyyət budur. Əgər adam gəlirdi ki, traktor, nə qədər uduzursan uduz, mən bura gələcəyəm. Bizə traktor önəm daşımır. Bizim o bir siyasi düşüncəmiz daşıyır. Baxın, yəni bunu da eşidirik da, bunu eşidirik. Yəni ya gərək görülməsin. Traktor məsələsində məncə bizə ehtiyatlı olsa daha yaxşı olar. Tamam. Bu bəhs ehtiyatlı olsa daha yaxşı olar. Çünki onun da aslında 100 tane oyunlar ola bilər. Məncə traktorda verilən o düzgün şuarları himayət eləməliyik traktoru verirlər. Düzgün şuarları. Ama ırgıcı şuarları, antifars şuarları filanları ki bizi xərablasın, Türkləri xərablasın, Farsları hamını bəsit eləsin bizim əleyhimizə şuarlarla, onların kuşkulu olmasın. Məncə bəsit olmasın. Bizim ihtiyacımız yoxdur ki, bizlərsən Farsları bəsit ediyor. Farslar 100 ildir bizim əleyhimizə bəsitdilər. Əslində mən dedim, farsçılıq, dünən də bunu sualı soruşdum, farsçılıq özü ziddi Türk bir hərəkatdır, qutuldu getdi. Yani sen sabah siyasi hareket yerinde bu cür düşünsen, faaliyet edemezsin ki da. Kutuldu, cepte desem kutuldu yani. Eğer istiklal olmuş. Ben cəmiyyəti olsa, müsahibədə dedim ki, məndən müsahibə edirdilər. Dedim, beləcə edirsə biz istiklal olacaq. Çünki Fars bunun məni rəsmiyyəti tanımayandan sonra düşüncəmi də rəsmiyyəti tanımır, millətimi də rəsmiyyəti tanımır. Təbii ki, mən onun qarşısında duracağam. Yani burada bir daha bir yanlış düşünce var. Bence o size bir şey hak verecek Fars. Hak alınmalıdır, verilməlidir. Tamam, ben ondan niye gerek onu şey eləyəm, rəsmiyyəti tanıyan ki. Kimi rəsmiyyəti tanıyasan? Farsı. Bizim bakın, hak alınmalıdır. Gücün olsa alacaksan, gücün olmasa... Tabii ki, ben o cür tərif edirəm haqqı, ona görə də ondan sonra... buradan gedək, çünki... Bir daha bu söz deyip, bir daha bu cümlədiyim tutarım. Bakın, ama biz gələ orada ırqıcı şuarlar verək, onda himayət eləyək, onlar da sabah gəlsin, daha çox versin filan, yani heç kəs onu qınamasın. O bizim kökündən zərərimizədir. O Azərbaycanlılar özün qaçırlar əslində. Digər abla qanqan deyirlər var. İranda futbol, kollən söyüşlə gedər qabağa. Yəni, mən onların şuarların Bu söyüş fərqli söyüşdür, bu fərq edir. Birbirine yaman desinler ama milli şuarlar içinde gəlsinlər, ırqıcı şuar zərərli bir şeydir və Can Şamil, bu bəhsdən çıxaq kənara. Bu bəhs çox şeydir, yəni qabili. Deyir ki,
tarix efendim ben gəlirsiniz əsəbiyyətdən danışdınız. Bakın, sizdə bir şey, sizin danışıqlı, mən bunu sizdən ötürü deyirəm. Sizin danışığınızın arkasında acayip bir əsəbiyyət oturubdur. Və onu əsəbiyyəti... Tarixi 100 il əsəbiyyəti biləsən, mən danışaq. Bir danışaq. Bir danışaq. Qoy mən deyim, qutarsın, sonra siz deyim. Qoy mən deyim da. Tutarmamışam o sözümü. Mən tutarmamışam. Qoy bir dəqiqə mən deyim, ondan sonra siz deyirsiniz də, baxın. Mən bir daha əsəbiyyət görürəm sizin arxazda və bunu hər kəs qulaq atsa burada indi sizin əsəbiyyətinizi danışıq tərzdə görər, hissi var. Yəni, duygusal rəftar edirsiniz və dilinizdə bu şiddət cümlələrinizi ancətirsiniz. Mənim nəzərim budur ki, tamam, yəni nə ki biz tariximiz bilmirik, bizim başımıza nə gəlib. Biz burada siyasətdən danışırıq. Duygusallıqdan, şiddətdən, ırqçılıqdan, birinə filan. Bizə belə eləyiblə biz də onları eləyəcəyik, reaksiyadan deyil. Bu siyasətdir. Dünyada, tarixdə milli məsələ bizimki də ki, tarixdə buna uzun-uzun siyasətlər yürülüb. Çox uzundur. Biz soyuqqanlılığı və düşüncəyə dayanaraq və bu duygusallıqdan uzaq olaraq danışmalıyıq. Yoxsa ziyan verici olar. Mən görürəm, daima reaksiya verirsiniz. Yəni, reaksiya da hissidir, yəni məntiqidir, yəni istidlala dayanmaq deyil. Hətta burada dediniz ki, irqçılıqdan dedəcəm, bizimkilər də olar. Bilməyərək ki, niyə narahatçılıqdan? Bu bəhslərimizdə narahatçılığımız kənarda olsa, məncə çox olumlu olar. Yəni, biz də bilirik, başımıza nə gəlir. Siyasi bəhslər bir yerə, amma o iki görürük, traktorda gedir, bir şey verir. Mən bunu istəyirəm, cənabıza açıqlayam. 100 il bizim millətimiz istimar, işğal, istimar, ondan sonra tohin, təhqirin altında qalıbdır. İndi kimin təhqirinin altında, kim bizə 100 il təhqir eləyibdir? Fars mərkəzli baxışlar. Hətta farslar, yəni bir dənə məməyyəndən pəpəyyənəcən Əhmədinəcad deyir, o geçsəz görürsünüz ki, Farsa tohin elir. Yəni özünə əsən haqq görür. Təbii görür, deyək ki, məsələn, Türkiyə falan. Burada mənim millətimin də haqqı var ona. Dəqiqən, yəni həman silahına savaşacaq. Yəni bu, mən siyasi olaraq qəbul eləməsəm də, baxın, mən siyasi bir düşüncə olaraq qəbul eləməsəm də, millətimiz o silahla ki, o bizlə savaşır, onunla savaşır. Yəni, mütəəssifanə bu bir şeydir. Yəni, real səhnənin, meydanın savaşıdır. Meydanda o bizi 100 illi edam edir, kodita edir, vurur, öldürür, zindana salır, mühakimə edir. İstədiği, özdə nə cür mühakimə? Dünən necə dadgah-ı nizamiydi, bugün dadgah-ı inqilabdır. Yəni, bunlar, baxın, bunları biz görmədik, tuta bilmərik ki, biz dadgahda, biz məhkəmədə mühakimə olmamışıq keçən 100 ildə. Biz ya dadgah-ı nizamidə, yəni ordunun məhkəməsində gizli mühakimə olmuşuq, ya dadgah-ı inqilabda mühakimə olmuşuq. Bizim buradan siz gözləyən məhsul sübiyəsi ki, bizim millətimiz niyə, məsələn, farslılara deyir ki, məsələn, ölsün. İcazə var. Baxın, mən demədim ki, bizim millətimiz nədir demir. Mən sizinlə danışıram. İdayət bəylə danışıram. Mən də dedim ki, bu millətimiz nədir? Baxın, baxın, bir dəqiqə. İndi mənim növbəmdir. Bir dəqiqə, mənim növbəmdir. Baxın, mənə rayət edeyim biraz. Baxın, siz jurnalistsiz, elit camiəsiz. Türkçədə bir insan bir şeydən narahat reaksiya və yaman deyil, neydir? Normal insandır, bu işlər görür. Siz məndən jurnalist kimi danışırsınız. Yəni, mediada adamlar baxacaq buna. Bizim özümüzçilər hətta, bizim özümüzçilər bizim dilimizdə şiddət görsələr, onun içində qan görəcəklər, təhlükə görəcəklər, öldürmə görəcəklər falan, diskinərlər. Yəni, biz düzgün, yəni, siyasi dillə danışmalıyıq ki, həm qabili fəhm olsun, həm orada şiddət, xuşunət, ölmə falan zat, yəni, bu onda zehni açılmaz. Bir dənə sual soruşum. Baxın, bu çox belə sülhü tələb bir baxışdır. Məndə bu cür idi. Mən özüm şəxsən bu cür idi. Amma baxın, indi sabahları İran çərçivəsində bu rejim getdi. İran çərçivəsində federalist istədiniz, vermədilər. Niyə cəxsus? Nə cür? Vermədilər. Sabahları Cumhur İslami getdi, bir dənə məclis quruldu. Məclisdə federalizmə yaxın gəlmədilər. O cənabız
balansı dediniz daha, güc balansı dediniz. Onu Gücün olmadı. neyəcəksiniz? Siz bir neyəcəksiniz? Nə qədər imkan vardı onu Bax, yox. İranda Məsələn, mənim millətім axı heç bir iş görənməsə haqqı ala bilmərik mümkündür. Mümkün şərti var. Eyni çəçənlər Mənim icazə Çəçənlər buyurun neynirlər? sualımı edeyim. Çəçənlər neynirlər? Bax bu suala cavab verin. Çəçənlər neynirlər Rusiyada? İcazə buyurun, mən sualımı təkrarlıq edeyim. Sonra cavab verin daha. Demirəm ki, yəni 100 il bu işğal, istimar, qətliamdan sonra ki, biz qətliamda yaşırıq indi. Yəni məsələn, hətta Zəngizindəki azadi qətliamdır ha. Bunu mənim tərifim. Mən bilmirəm siz nə tərif eləmişsiniz. Onlara yetişsə, onları da soruşaram. Amma mənim tərifimdə əgər bir milləti öldürürlər və qorxudurlar, millət qorxu ki, dağ qalxsın ayağa, bu qətliamdır. Qətliam bu da ki, hamını öldürərlər. Qətliam budur ki, bir dənə vəziyyət yaradarlar, orada insanlar danışa bilməyərlər, haqqlarını istəyə bilməyərlər. İcazə eləsən mən bura bir cavab vereyim. Qətliamda insan öldürmə söz konusudur. İnsanın canın alma söz konusudur. Sənə izni verməyələ, izhar nəzər eləsən, onu qətliam saymaq huquqi cəhətdən mənasızdır. İnsanın canı mühümdür. İnsanı öldürməyələr. Siz onu ölüb, yəni öldürürsünüz, güllənir insan başına. Onunla gəlsiz birini qoymurlar azadlığa sözünü desin, ondan o bir qoysun. Yox, xəfəqandan danışmıram mən. Xəfəqandan danışmıram. Öldürür ki, siz danışa bilməyəsiniz. Öldürməyiblər. Bax, Zəngizindəki azadlığı saldırıram biləcə. İndi bizlərdən çox öldürürlər ya bəluçlardan. Təcrübədir, bir dəqiqə. Çünki Zəngizindəki yaxın təcrübədir, onu misal vururam. Orada qətliam olur ya yox? Harada? Zəngizindəki azadlığa. Qətliam dərəcəsinə yetişməyibdir. Tamam, qutulduq. Tərifimiz fərqlidir. Mənim tərifim fərqlidir. Mən özüm tərifim ola bilməz. Mən tərif elə odur bax. Sizin tərifiniz ola bilməz. Bugün bir hüquq var, hüquqa beynəlmilər var. Cənab Şamili, hüququ mən yaradıram və mənim tərifim üstündə. Sazıman-ı Miləldə də hüquq taza təriflərin üzündə değişir. Siz tərif eləməsəz yarada bilməzsiniz. Siz əvvəl parti olaraq, insan olaraq, bir düşünür olaraq bir şeyi tərif edirsiniz. O tərifin üstündə dayanırsınız, onu dünyaya aparırsınız. Bilirsiniz? Məsələn, mən indi qətliamı tərif edirəm. Özüm, İnsafəli Hidayət olaraq. Heç kəs bunun arxasında deyil. Deyirəm ki, qətliam ibarətdir bundan. Çünki qətliamın özü, adamın öldürmək sayı hesab deyil. Sayı hesab deyil qətliamda. Təsir hesabdır. Qətliamı adam öldürür, ləzzət aparmaq üçün öldürmürlər. Yəni getmirlər, məsələn, şikar eləyərlər, deyərlər ki, ya yiyəcək, ya yeməyəcək. Onda bir nəticəsi nə olar? Biraz da mənə fürsət verin. Nəticəsi bu işin bilirsiniz nə olar? Hidayət bəy qətliamı taza tərifləsə, apararlar, qoyarlar cəmaətin qarşısına bu qətliamı. İndi bax, cümlələrinizdə bir söz dediniz, məsələn, faslar belə edirlər. O cümləzi oradan çıxardarlar. Apararlar Vizarət İttilaatı sistemi amuzuşisine deyərlər, bunlar fasla öldürmək istəyirlər cümlələrdən. Ya deyərlər qətliamma baxın, bu adam, bu insan deyir ki, yəni icazə vermə, yəni qoymurlar, azadlıq yoxdur, izhar nəzər eləyənmir, fikrin deyənmir, bu qətliamıdır. Onun mənfi təsiri var. Deyərlər, buranın düşüncə tərzi nədir adamlardır bunlar? Tamam. Yəni siz gərək normativlərin biz yəni gərək normativlərə uyan, anlaşılan sözlər danışaq. Cənab Şamili, əgər normativə uysaz 100 il bundan, 300 il bundan sonra da İranda nə demokrasi olar, nə də Azərbaycan hökumət qura bilər. Ya federalizmə əsl getməz. 300 il sonra da... hökumət Azərbaycan, nəcür hökumət quracaq? Sən millətivə ayırtman lazımdır. Baxın, siz gözləyin, sizin danışığınızda, bir dəqiqə, sizin danışığınızda, bir dəqiqə, tamam. Sizin de danışınızda... Tamam Şamili, mənim sualım yarımçılıq qaldı. Soy sualı soruşum. Əslən, mən özümü bundan bizə tozih verməyəcəm sizə. Yox, verin. Yox, verməyəcəm. Baxın, sorun bu idi. Əgər buradan 100 il işğal, istimar, qətliam getmişik, əgər bundan getdiniz məclisə, siz bir dana məclisin quruldu, orada da federalçılar rəy gətirə bilmədilər, qanun əsasını değişdirərlər. Azərbaycanın 100 il, 200 il, 300 ildə siz xüsunətdən qaçaq, yox, razısız qala bu vəziyyətdə? Sizin cevabınızı verdim. Çəçənistan da bizim kimin istəyir? Çəçənistandan danışmıram, onlar özləri bilərlər. Mən Azərbaycandan danışıram. Baxın,
biraz dəqiqən qulaq asın lütfən. Lütfən. Çəçənistan milli hökumət üçün savaşdı. Gücü yox da alsın. Və 30-lu savaşı qətlidə anmı oldu. Orada qətliam olubdur. Və torpaqları, ölkələri toprağının yeksan oldu. Bu iş siyasət işi dillə, hissinə, şuarla əldə olmaz. Diqqətlə güc toplamalısan. Və görmürsən ki, nə ələ edə bilərsən. Elə söz burada bu İstiqlal Federasiyasında budur. Sən gücü toplamalısan ki, nəyə əldə edə bilərsən. Zəkavət deyir bir siyasiyə ki, sən bu gücü toplayıb bu qədər ələ ala bilərsən. O işi görə bildin, bir haqqə sahib olarsan. Yox, görə bilmədin, bir iş görə bilməsən, ne necəsən? Terror salarsan yola, bir organizasyon duyarsan, onu vurarsan, bunu vurarsan, 5 dəfə öldürərsən, 5 dəfə səni öldürər, amma xalq bir yerə çatmaz. Bu zor işinlə deyil. Burada zəkavət mövzusudur siyasətdə. Zəkavət. Sənin mənim görəvimdir ki, hesablayaq ki, biz hansı gücünə nəyi əldə edə bilərik. İndi gəldik, dedik ki, getdik oraya müəssisəsinə gördük, xeyr, bizim orada rəyimiz yoxdur. Oradakı olan rəylər bir mərkəzi hökumət düzəldəcəklər də bizim rəyimiz çatmır. Orada silah çəksə deyilsə eləyəməyəcək ki, sayımız azdır da hər halda. Yəni, o məclis bir mərkəz... Orada mümkün də Azərbaycanlılar əksəriyyətli olar, amma İranda əqəlliyyətli olsalar neyniyət yox? Azərbaycanlılar əksəriyyətli olar nə demək yəni? Məsələn, məclisdə gördük ki, Azərbaycanlılar əksəriyyətdədirlər, sizin məclis dediniz, yəni məclis mühacizəsində. Yəni, Azərbaycanlılar... Bizim kimi fikir eləyənlər. Sizin kimi fikir eləyənlər, yəni federalistlər məsələn deyək. Ya, Azərbaycanlılar da belə deyək. Azərbaycanlılar da bir şey yoxdur, türklər var. Bir dəqiqə mənə türklər var. Siz bilmirəm, niyə qorxusuz türklər sözünü işlətmişsiniz? Azərbaycanlılar işlətmişsiniz. Bir dəqiqə. Buna görə ki, deyirəm, sizin də teorizdə 2 dənə mərhələ var. Bir mərhələ Azərbaycan, bir mərhələ İranda yaşayan türklər. Tamam. Sizin də teorizdə... Azərbaycanda yaşayanlar da türklər də. Bir dəqiqə. Getdik gördük məclisdə, o məclisi müəssisəsində Azərbaycanlılar və türklərin hamısı, İranda yaşayan türklərin hamısının nümayəndəsi deyirlər ki, biz bu haqqları istirik. Amma əksəriyyət məclisi müəssisəsində o haqqı vermədi. Baxın, yəni əqəlliyyətliyik orada. Əqəlliyyətliyik. Azərbaycanlılar və türklər əqəlliyyətdədirlər deyək. Beləsi fərzi qoyaq. Tamam. Vermədilər. İndi, əcəba siz pişəvəri kimi qeyd edəcəksiniz. Azərbaycanın müstəqilliyi üçün Azərbaycan orada özlülüğünə olsaydı müstəqil olardı, ya federal olardı. Amma tüm İranın içində azlıqda olur. Çünki farslar, məsələn, Kürtlər falanlar istəmədilər. Bizim haqqımızı ki istirdik, özümüzdə layiq görürdük, gücümüz də var idi, onu qəbul eləmədilər. Burada sual, ədəba pişəvəri kimi qeyd edəcəksiniz, silah götürəsiniz, millətimizi haqqını alasınız, yoxsa qalacaqsınız ki, yox, 100 ildə biz belə qalmalıyıq İranda. İndi sual biraz formalaşdı. Tamam, qoymursunuz sonra. Sual, yox, deməyin də mən qoymuram, mən gücüm var, siz qoymayım sual. Hər halda, yəni sual biraz formalaşdı. Tamam. Mən misalımı vurmuşam, mən cevabımı vermişəm. Amma siz yəni qıssa da dedik ki, aqilə bir işarə yetər, o çəçəni vurdum. Baxın, bizim məncə İranda həqləri əldə etməyə sənin, yəni İran rejimi ki aşırı yıxılır, sən siyasi, əskəri güc əldə etməlisən. Onu danışmışıq da, keçən cəlsədə danışmışıq, elə deyil. Demişik ki, yəni sahədə sənin gücün olmağı lazımdır. Bir gücün olmağı ki, deyirsən, bura Azərbaycan, bu sınırları qoruyacaqsan ki, sınırlardan biri gəlməsin. Orada nə ilə, sopa ilə, dəyənə ilə ki, qoruyanmasan, yəni silahın olar. Qoruyasan. İkincisi, Azərbaycan öz içində əmniyyət, polis gücü ki, əmniyyət və güvənlik bərqərar olsun. Yəni, sən dedin ki, dedik oyunları, İran rejimi yıxıldı, bizim nə qədər siyasi gücümüz var, deyəcək ki, amma yəni Azərbaycan toplanmaq lazımdır. Deməlidir ki, məsələn, Qəzvinlilər, Azərbaycan, yəni üstolusu türklərlə bərabər olmaq istəyirsiniz filan, onda Qəzvinə girən yerdən, bir daha şey burada da Qəzvindən bu yana, yəni o girən yerdə, ya da Qəzvinlər desə, o bizdən olmur da, görür, o da gücümüz yoxdur, yəni, nə ki söz olacaq. Görürsən da gücümüz olsa meydanda olacaq, olmasa da yoxdur. Olmasa onda Zəncandan girən, Zəncana girən yeri bağlayacaqsan da o yandan
Azərbaycana silahlı güc gəlməsin. Kontrol altında normal insanlar gəlsin geçsin. O silah gəlcət şeylə olmasın. Yəni oranı qorumağa nə lazımdır? Orada bir silahlı adam lazım dursun orada oranı korusunda. Yəni dəyənəklə, sopa ilə olmaz. İçəridə də bu siyasi silah lazımdır ki, yəni polis gücü da, yəni cavanlar yığışıb da komitələr düzəlmiş də. Fədai dəstələr deyə də fədai dəstələr bir içərini qorurlar. Məsələn, bir də mərzi qorurlar. Bir də mərzi qorurlar. Yəni indi gəldik, sonra burada seçim var. Seçim ki, müəssis məclislərə adam göndərəcəyik, nümayəndə göndərəcəyik, rəsmi nümayəndə olmaq lazımdır. Seçim getməli. Bizim Azərbaycanda orada seçim getməli, nümayəndə olacaq. Seçiləcək, məsələn, 5-10 dəfə ki, orada ədəd nə qədərdir, məsələn, nə qədər Azərbaycan nümayəndəsi göndərəcək oraya. İndi oradan cavab gələcək ki, hə, mənim yazılarımda bu çox təkid olub, çox diqqətlə. O da budur ki, əsasən o federalizm ki, orada məclisdə qəbul olacaq, o yalnız o nümayəndələrin gücü deyil ki, orada o federalizm oraya yazdıracaq. Bölgələrin öz idarə etmə gerçəyi, özlərini idarə etmə gerçəyi, orada oturan məclisdə oturan nümayəndələr Tehranda deyəcək ki, qardaş, o özünü idarə edirdi. Biz burada yoxu desək, savaş başlayacaq. Diqqətimi çəkə bilirəm nə deyəcəm? Yəni, həqiqətən də budur. Əgərsə oradan yox çıxırsa Azərbaycanda savaş başlamağı lazımdır. Yəni, savaşa hazır olmaq lazımdır mərkəzi dövlət. Tamam, təşəkkür edirəm. Mən sözümü aldım. Yəni, bildim nə deyirsiniz. Nə deyəcəyik, aparacaq ondan ki, o anayasa el olmalıdır. Məncə, mənim öz nəzərimdən budur ki, biz savaş gücünə hazır olursaqsa, yəni müəssis məclisi sıxıntı altına qoyuruq ki, ya federalizmi qəbul et, ya gedək iç savaşına. Onlar da bir də bunu da izah edib, onlar da o məclisdə oturanda görürlər ki, yalnız Azərbaycan deyil ki, burada Kürdistan da həman haldadır, Bəlucistan da həman haldadır, Ərəbistan da həman haldadır, ya başqa bölgələrdə həman haldadır. Onda iç savaş çıxmasın deyə onlar onu oraya geçmək məcburiyyətində qalırlar ya da savaş mövzusu olar. Yaxşı. İndi bizim iç gücümüzü qurduq. İç gücümüzü, yəni qorucu gücümüzü, fədai dəstələrimizi içəridə və eşitdə, mərzidə qurduq. Nədən gedək istiqlal elan eləməyək əslən? Yəni burada İndi bunu fikir edirəm 10-cu dəfədir ya 15-ci dəfədir sorusuz bu sualı. Çünki hamısına da cavab tapmışıq ki, orada dedik ki, federalizmə getmədə iç qüvvələri təyin edəcək sənin haqqları, özün yan təyin edəcək haqqı. Xaric istiqlal şüarı verdinsə, daha səndəysən. Daha səndəysən təyin edəcəksən. Xarici dövlətlər səni rəsmi tanımaq lazımdır. Tamam, və xarici dövlətlər də bilirik ki, bu durumda, yəni biz tanıdığımız dünyada rəsmiyyətə tanımayacaqlar. Hətta qardaşlarımız belə bizi rəsmiyyətə tanımayacaqlar. Ona görə o siyasətə getmək düzgün deyildir. İndi İranda hangi federalizmdən söz gedir? Məsələn, mən Kanada federalizmindən, Amerika federalizmi tanırım. Nədir? Məsələn, Amerikada federal mərkəz dövlət, əgər səhv eləmirsəmsə, bəlkə səhv edirəm, kulli maliyyatın verginin %7'sini ya 6'sını alır. Bu qədər. Və torpaq olaraq torpağı yoxdur. Yəni torpağa malik deyil dövlət olaraq. 3 dana, 4 dana Amerikada 3-4 dana iyalət ki, mərziləri mərkəzdədir. Hərəsindən bir 100 metr, 200 metr, 1000 metr veriblər. Deyirlər, burada sən mütəmərkiz ol. İdari olaraq burada. Amma bu torpaqlar sənin deyil. Hər kəsənin öz torpağı var, hər iyalətin. Burada amma hərəsindən bir 1000 metr, 2 metr, 2 kilometr, 3 kilometr alıblar. Orada bir dövlət, fəqət dövlət qurublar. Sembolik olaraq bir dövlət var orada, mərkəzi dövlət. Kanadada isə əslən torpağı yoxdur federal dövlətin. Yəni bir fəqət dövləti, Ontario dövləti deyibdir ki, mənim o ucu bucaqda bir şəhrim vardır, adı Ottavadır. Get orada bir dövlət qur. Amma ora mənim torpağımdır, sənin torpağın deyil. Orada dövlət qur. Sən də məndən məsələn bir belə maliyyət verəcəm. Bəs bilmirəm, indi məsələn 7%-dir, 8%-dir. İyalətlər, hərəsi maliyyatların verirlər ora. 7%-in, 6%-in, bu cürsə. Yox. Belə bir vəziyyət var, durum var. Sizin bu dediniz federal İranda nə cür bir siyasi varlığa, idari
varlığa şeydir. Aha bunu da deyim. Ben çok Biz üzüldüm. əvvəl indi siyasi var, Bir siyasi dəqiqə burada bölüm. əlavə edeyim. Federal dövlətin idari sistemi yayınıqdır. Yəni hərəsimiz və eyni halda hətta iç dövlətlər, bu dövlətlərin özünün də, məsələn deyək ki, Ontarionun ki mən yaşayıram, mərkəzi dövləti yoxdur. Mərkəzi şəhəri yoxdur. Yəni parlament məsələn Torontodadır. Məsələn güzərnamə, bu pasport idarəsi məsələn bir ayrı yerdədir, əmniyyət bir ayrı şəhər. Məsələn 1200 kilometr, 1500 kilometr, bəlkə 2000 kilometr uzaqlığa gəlsin pasport idarəsidir. Bölüblər də elə ki, mərkəz güc bir yerdə toplanmasın. Baxın, mən onu bilirəm. Bax, iki türlü yəni güc mərkəzlərini bölmə var. Bir onun adı bürokrasini təmərküzün almaqdır. Yəni bürokrasi bir şəhərə yığışmasın. Məsələn, idarə edən vizarətxana deyirəm, amma baxanlıqların məsələn deyək, biri burada olsun, biri başqa şəhərdə olsun. Ya böyük idarələr, böyük bonqarlar fərqlidir. O yəni bürokrasının fərqli ölkələr, yəni şəhərlərə bölünmədir. O mən onun tərəfdarıyam, o yaxşı bir şeydir. Çünki orada iş mərkəzi düzəlir və onların o bölgələrdə yəni mühüm mərkəz olduğuna görə onların yəni yaxşılaşmasına, irəliləməsinə, yəni qalxınmasına köməklik edir. O bürokrasının yaygınlığının olması, o düz işdir. Amma burada bizim də demokrasi, federalizm məsələsində ondan danışmırıq. İranın sistemi, yəni tarixi bir geopolitik ya jeopolitikinə baxdığımızda yəni bölgələr məsələn deyək də Azərbaycanda bölgələr tarixən məsələn İnqilab Məşrutiyyətinin tarixində o da qanun əsasına filanına baxımda ya ondan qabaq uzun illər tarixi bölgələr bəllidir da. Hətta bir daha bir mərkəzdə bir mütəxəssis faşistlər bir danışmışdı. Demişdi ki, əslən İranda federalizm qurulsa, etniki federalizm olacaq. Əslən deməsələrdə oturulacaq. Çünki bölümlər otursundur İranda. Dedi, Azərbaycandır, bu Kürdistandır, bu Bəlucistandır. Bunlar ümdətən orada otursundur, yəni sistem otursundur. Ona görə biz, məncə, zəkavət siyasi deyir ki, bizimkilərin içində var, bizlərdə, Kürdlərdə, Bəluclarda, ərəblərdə də var. Deyirlər, biz milli federalizm istəyirik. Mən onun müxalifiyəm. Bu sözü biz deməliyik. Ehtiyac yoxdur ona. Milli federalizm nə demək yəni? Türklərin məsələn Azərbaycanda milli hökumətin qurmaq istəyirik. Bu da düz deyil ki, əslən türklərin hökumətin qurulur üçün Azərbaycanın, yəni toprağın hökuməti qurulur. Yəni hər kəs orada yaşayır, sənin vətəndaşındır. Yəni fəqət türklər deyil Azərbaycanda. Başqaları özlərindən bilməzlər və onlar 5-ci sütun, 5-ci kolon. O düz iş deyil və hüquq baxımından da düz iş deyil. Yəni bərabər vətəndaş haqqından da düz deyil ki, bura türklərin dövlətidir. Bura Azərbaycanın dövlətidir. Azərbaycanda yaşayan insanın dövlətidir. Bu milli federalizmin adını çəkməyə ehtiyac yoxdur. Sistem odur. Sən Kürdistanda bir federalizm qurulursa, yəni onun dili nə olacaq? Fars olacaq. Yəni onun etnikinə baxdığımızda çoxunluq Kürdlərdir. Ya Bəlucistanda ya Azərbaycanda. Fərq eləməz. Yəni burada çoxunluq, özdə mütləq, çoxunluq. Məsələn, %90 cəmiyyəti bir etniyə bağlı olsa da ona ehtiyac yoxdur. Deyəsən ki, biz milli etnik, elə o cür olacaq. Ona görə o radikalizmin qarşısını almaq üçün, radikalizm, məsələn, yox, biz türklərin dövlətini quruq, yox. Bu bölgədə yaşayan Azərbaycanın hakimiyyətini quruq. Modern dövləti budur. Modern dövlət deməzlər ki, mən, məsələn, deyək ki, Almanlıların dövlətini qururam. Ya da harada bir toprakda dövlət qursan, o toprakda yaşayan insanların dövlətidir o. Azınlıq var, çoxunluq var, olar. Amma onların toprağıdır. Bir nəfər də başqa fərqli adam olsa, onun bərabər vətəndaş haqqına sahib olmaq lazımdır. Ona görə biz Azərbaycanda bir demokratik dövlət qurmaq çabasındayıq. Federalizmlə ki, istəyirik, demokratik federalizm, milli federalizmlə deyil. Əsasən biz İranda milli zudayını eləməliyik. Çünki milli zudaydan biz hamımız sədmə görən bizlər, yəni xalqlar o milli ceraydan sədmə görüblər İranda. Məsələn, milli cerayi ki, mərkəzdəyim olur. Buna görə bizim keçən dəvə danışıqlarımızda bir söz dedim. Dedim ki, bizim ideolojimiz daha çox İranda bu milliyyətçılığa bir demokratik dil, padizəhri onun müxalifi
demokratik dil olmalıdır xalqı cəlb eləməkdə. Milli icra olduğunda daha bir dəf elərlər. Yəni bizə imkanı cəzbi azaldar, onlar imkanı cəzbi onlara çoxaldar. Çünki orada kök var, 100 ildir təbliğ edirlər. Bizdə kök yoxdur. Bizdə çünki bu yəni milliyyətçilik kökü yoxdur. Demokratik dillə biz xalqımızı daha çox cəzb edə bilərik tam milliyyətçi dillə. Amma faslar çünki kökü vardı orada milliyyətçilik. 100 ildir İranın radyo, televizyonundan filanla paylaş olur, mədrəsələrdə, kitabda, danışıqda tədris olur. Onlar milliyyətçi kəsimə daha çox cəzb edərlər. Ona görə biz bu ikisinin qarşısına qoymaq, onu dayandırmaqdan ötürü. Amma əsas məsələ ki, federalizm nə istiyor? Demokratik federalizm istiyor. Bölümlər nədirlər? Bax, bölümlər nədirlər? Bölümlər tarixi bölgələrdirlər. Tarixi bölgələr. Tarixi vətəndir. Bir də bizə bir anayasa var. Bir hukuki cəhətdən də İranda bir dənə bir şey yazılıbdır. Yəni məşrutiyyət inqilabında bir nə yazılıb, anayasa yazılıb. Orada o da mühümdür. Çünki hukuki cəhətdən birinci dəfə anayasa yazılıb İranda. Bir tarix var. Oradan da müstənəcət var. Amma bütün dadilganlarda daha çox sənə yəni məhkəmə pəsənd bir şey o ki hüquqda yazılıbdır. Azərbaycan yəni ən böyük eyalətlərdən biridir orada. O anayasada. Ona görə o bir şeylər də var. Məsələn, indi o zaman Kürdistan vilayət sayılırdı. Balaca bir bölgəydi. Məsələn, indi eləyərlərlə adı eyalət olsun. Fərq eləməz balaca bölgə böyüklüyünə məsələ deyil. Yəni, bərabər eşit haqqı olsun deyə, məsələn, Bəluçlar, ya məsələn, Türkmənlər və ya filanlar, eyalət adı ilə hər kəs getməli. Bərabər hüquq sahibi olmalıdır bu milliyyətlər fərqli bölgələrdə. O daha çox, yəni, biraz ədalət bu günə aid bir şeydir. Ona görə biz demokratik federalizm istəyirik, tarixi bölgələrdə qurulmaq üçün. Mən özüm də Azərbaycanın öz içindəki bu günə ustanlar var. Ərdəbil, Şərqi, Qərbi, Zəncan filan, ya məsələn, Qəzvin filan. Onlar da elə bu sistem idarə qalmalıdır. Yəni, Azərbaycan öz içi də federal sistemində qalmalıdır. Yəni, mərkəzçi bir sistem ki, Təbrizdən hər yer kontrol olsun, idarə olsun. Azərbaycan öz içində də çəlişki yaradır. Çünki yəni, o yerlik var. Bir söz dediniz o gün yerlik. O hər yerdə var. Dünyanın hər yerdə var, Azərbaycanda var. Ona saygı göstərməkdən ötürü, hər kəs də öz bölgəsinin yaxşılığına çalışmaqdan ötürü, ona saygı göstərməkdən ötürü, elə bugünkü mövcud bölümlər, idari bölümlər elə Azərbaycan federal dövləti içində qalmalıdırlar, deyə düşünürəm. İşimiz odur bizim. Təşəkkür edirəm. İndi sizin istədiyiniz federalizmi, sizin parti müşəxxəsələri nədir? Federalizm müşəxxəsələri, yəni baxın biz burada çox genel yəni federalizm haqqında danışırıq da, yəni onlar ki yəni əsasi xəttlər ki lazımdır. Onun adını dedik ki demokratik federalizm istəyirik. Yəni demokratizmi, nasyonalizmi, mərkəz nasyonalizm qarşısında bir padizər kimi görürük ideoloji cəhətdən. O yəni təbliğatı cəhətimizi daha çox demokratik dil, bir nasyonalisti, mərkəzçi dilin qarşısında ona çox böyük bir padizərdir. Amma federalizm necə, yəni qəşəng sualınızı başa düşmədim ki, nə olsa federalizmi. Adi demokratik federalizmdir. Bir daha da şey var, bir daha da bunu açıqlayayım. Baxın, yəni biz siyasi cərəyanın dilində hani cəzzabiyyətin olması çox mühüm məsələdir. Yəni modernizm, cəzzabiyyət və müasirlik. Modernizm, demokratizm və müasirlik. Bu üç faktor sənin dilində olmasa, bugün cavan ki, sənin sözlərə qulaq asacaq və istəyir cəlb olsun, bunların içindən dil materialında, dilində, ədəbiyyatında bu materiallar olmasa cəzzabiyyət yoxdur. Cəzzabiyyət olmasa sənin tərəfdarın da olmaz. Məcbursan sən ən müasir, modern və demokratik dildən istifadə edəsən. Bu ittifaqən həm bizim özümüzün, xalqımızın bizə cəzb etməyə böyük köməklik elər. Yəni, hər kim baxanda, yəni bir türk insanı baxanda sənin təşkilat və sənin modern, müasir və demokratik görəcək təbiyyətən cəzb olar. Eyni halda düşmənin cibhəsindən, düşmənin cibhəsində o düşmən cibhəsini zəiflətmədə də, düşmən də faşistlərin danışır da, onları zəiflətmədə də böyük rol var. Niyə? Çünki o cibhə, o siyasi cibhədir, düşmən cibhəsi. O siyasi cibhəyə yaxın olan insanlar, insandırlar da, sənin demokratik, müasir və modern dili, eşidili dili və siyasətini gördüyündə, hər halda sənin tərəfdarında olmasa, sən onu bir tərəf elemana çalışa bilərsən və bu çox böyük bir siyasətdir. Yəni, bir kəsim ki, sənə ziddirlər olaraq bir tərəf eləyəsən və sən bir tərəfdirlər sənə tərəfdar eləyəsən onları və ya tərəfdardırlar özünə üzv eləyəsən. Yəni,
fərqli kəsimlə bu bir siyasətdir ki, tam tarixdə siyasi fəaliyyətlər, hizblər işlədib, biz də onu işlətməyimiz lazımdır, yəni olduqca. Bunda bunlar danışır, bunlar teorudurlar. Bunlar teorudurlar, amma bunların əbzarı əməlisi bir partiyanın güclənməsindən sonra, yəni gücləndikcə bu siyasəti əmələ keçirə bilər deyə düşünmək lazımdır. Mən bu sual ki soruşdum, sizin federalizmin müşəxxəsələri nədir? Yəni, məsələn, birinci saydınız demokratik olmasıdır. Daha nə mənəsi var bunun? Məsələn, vətənçidir, vətənçi deyil, millətçidir, millətçi deyil, ondan sonra, nə bilim, yəni, müşəxxəsələri nədir? Yəni, bu federalizmi istəyəsiniz, məsələn, İcazə bir sualı mətrəh edeyim. Məsələn, istəyəsiniz, deyəsiniz ki, dərs verəsiniz bunu. Yəni, dərs verəsiniz ki, federalizm nədir? Bizim federalizm. Bu federalizmin müşəxxəsələri olmalıdır. Yəni, deyirəm sizə, məsələn, müşəxxəsə deyəndə ki, yəni, bu sözlər ki, dediniz, yəni, ideolojik cəmməsi, cəmmi ideolojik, bu, yəni, dövlətə dəxil olan bir şey deyil. Dövlət ideolojik olmamalıdır, ideolojiden boş olmalıdır. Dövlət qanun əsasında çalışmalıdır, hüquq əsasında çalışmalıdır. Ona görə ideoloji, insanlar və hizblər ideolojik düşünmək lazımdır. Dövlət orqanlarının hamısı ideolojiden xaric, yəni hər fərqli yolursular. Amma onların çalışmalıdır. Siz də bir partisiniz da. Bəli, amma siz federalizmin özəlliyindən soruşsunuz. Yəni dövlət yaptı. Sizin, sualım budur da, sizin federalizmin. Bizim federalizmin mahiyyət baxımından demokratik və hüquqi bir yapısı olmaq lazımdır. Çünki yəni biz federalizmdən danışanda federalizm həm beynimdə deyək ki, gəlsək, yəni filan idarədir da, yəni dövlət aparatıdır. Dövlət aparatı ideolojiden uzaqdadır. İki dana müşəxxəsəsi var. İki dana müşəxxəsəsi var. Mən çıxartdığım burada. Bir, hüquqi, ikinci, demokratik. Elə hüquqi olmaq, dəqiq hüquqi olmaq demokratik mənasında bir türlü gəlir. Yəni, hüquqa əməl edən, əvvəla demokratik, əvvəldən ona biraz danışmamız lazım, biz oraya girməmişik. Bilməm deyə, harada girəcəyik o mövzuya, haqq məsələsində girəcəyik. Bir demokratik dövlət nə cür, yəni necə mahiyyətən bir dövlət demokratik ola bilər? Bunlar bəlkə gələcəkdə danışacağıq, amma hər halda... Bir dəfə də soruşum, İranda federalizm bugünkü şəraitdə əlverişlimi? Onu mən dedim sizə, yəni bugünkü indi danışırıq bir-birimizlə, əgər bu gecə bir ittifaq edirsə İran rejimi yıxılsın, mən yəni federalizmin çox böyük çətinliklə qarşı-qarşı görən şey deyə bilər olsun. Amma yəni çünki biz hazırlığımız çox zəifdir hazır Türklərin. Tamam. İranda özlərin üstün görən və qüdrəti əldə tutan farslar və farsçılıq federalizmə necə yanaşır? Qoyun bu sualı vermədən mən bir söz deyim bir şeylə. İranda bugün 3 dənə siyasi alternativ mətrəhdir. İranın əfkarı konusunda. O şahçılar öz alternativlərini mətrəh edirlər ki, səltənət filan qeytərsinlər ki, onun İrana getməsinin ehtimali təqribən seçim. Burada sual soruşum. Şahçılar mı, pəhləviçilər mi? Şahçılar, pəhləviçilər. Yəni başqa şey yox. Şahçılıq ideolojik olaraq, şahçılıq bir İranda pəhləviçilikdən sonra başqa bir şahçılıq yoxdur. Niyə? Qacarçılıq da var. Yəni o səviyyədə cərəyanı siyasi adını çəkmək düz deyil. Yəni 5 nəfər, 3 nəfər fikirləmanın bir toplumda bir kirayı siyasi ayrı şey. Yəni hər düşüncə olaraq danışırıq. Düşüncəyə danışmıram. Mən düşüncəyə danışmıram. Mövcud kirayı siyasılar danışıram. Düşüncənin adını çəksə çox şeylər vardır. Ona görə fərqli alanlar var. Yox, düşüncə adını çəksə komünistlər də düşüncədə orada komünist hökumət istəyir İrana. Amma çünki ciddi bir cərəyan dəyərləri o sistem keçənməzdə. İranda 3 ehtimal bunu danışılır. Birisi, yəni pəhləviləri ya səltənət qeytməkdir ki, mənim nəzərimdən onun qeytməsi, hakimiyyət qurmasının yəni 0 dərəcə imkanı var. Yəni alternativ saqitdir. İndən sonra 2 dənə alternativ var, ciddi alternativ var. Cumhuriyyət və federal cumhuriyyət. Bu iki dənə cərəyançıda bugün əfkarımda cumhuriyyətçilik çox güclüdür federal cumhuriyyət istəyənlərdən. Yəni buna biraz da araştırmalar uyandı, bir de araştırmalar var. Ama siz elə bunu baxıntı ilə də biraz, yəni
yəni eşikdən də biraz müşahidat, yəni müşahidatla da bəzi şeylər başa düşə bilərsiniz. Məsələn, indi federal cumhuriyyətinin yəni bir siyasi alternatif vardır. Amma zəif bir alternatifdir. Yəni kamuoyundakı, əfşar umumda. Onu gücləndirmək lazımdır. Yoxdur. İndi mən qabaqçı sualımı təkrar eləyəcəm, amma əlavə edeyim. Qabaqçı sualım buyurdu. Yəni, İranda özlərini üstün görən və qüdrəti əldə tutan farslar və farsçılar, yəni o cənabınız deyirsə, türklər də vardılar falan. Onlar mərkəzçilər desən onu təbanilər. Yəni yox, indi onu yox, mərkəzçi deməyim, indi bir dəyişdirirəm. Federalizmə necə yanaşırlar? İndi Kürtlər, Ərəblər, Bəluçlar falan, bunlar federalizmə necə yanaşırlar? Tamam. Orada federalizm xalqların, qeyri-fars xalqların içində lordların içində gücünü dəyir, hiss olunmur. Amma başqa xalqların içində federalizm birinci alternatifdir. Tamam. Cumhuriyyətlə müqayisə eləyəndə qeyri-fars xalqların bölgəsində federal cumhuriyyət birinci söz deyil, biridir. Amma mərkəz bölgələrində, fars bölgələrində və ya daha asimilə, məsələn, lor filan, bu bölgələrdə cumhuriyyətçilik daha çox birinci söz deyir. Amma üst-üstə qoyanda federal cumhuriyyət bugün ikinci dərəcədə durur. Birinci alternatif deyil. Nədir baxır? Yəni farslar ki, güc əllərindədir, qüdrət əllərindədir. Farslar ki, qüdrət əllərindədir, farslar bu rejimlə savaşmadı. Amma əfkar umumunda, fars toplumunda bir balaca kəsim səltənətçi filandılar, pəhləvici filan, amma çox balaca bir kəsimdir. Genəldə cumhuriyyətçilik orada, yəni əsasən elə cumhuriyyətçi olardılar. Onlar cumhuriyyətçilər, bizim, yəni qeyri-fars xalqlar üst-üstə, yəni federal cumhuriyyətçidirlər. Amma bu məsələn, niyə əgər bu varsa, indi bir sual qabağa gəlir. Deyək, farslar 40% təşkil edirlər cəmiyyətin. Ne üçün cumhuriyyət bu qədər geniş vasitədə federal cumhuriyyətə daha çox üstün görsənir? Cavabı budur ki, bizim xalqlar, qeyri-fars xalqlardan fars toplumunda cumhuriyyətçi olanların sayı çoxdur. Bizim indi görəvimiz budur ki, o zehniyyət, yəni bizimkilərdən gedi fars cibhəsini, yəni mərkəz cibhəsini, cumhuriyyət cibhəsini təqviyyət edir, onları oradan alıb və bu cibhəyə qovuşdurandan sonra o dəngə, siyasi dəngə federalizm və cumhuri federalist arasında dəngəni dəyişə bilər. O imkan vardır. O İrani federalda o cəmiyyət ki vardı. O cəmiyyətdə fars bir cəmiyyət vardı ki, fars təşkilatlarından biri vardı ki, federalçı ola. Var, bəli. Dedim sizə o gün, yəni biraz o çox vardı. İndi bir dənə təşkilat var. Farsi adı Həmbəstəgi, Fəragir, Bərabəri və Azadi der İran adı. Orada 3-4 tane fars təşkilatı vardır. Balaca da fədailərdən federalçıdırlar, yəni federalçıdırlar. Oranın o Həmbəstəginin yəni platformu federal platformudur. Yəni biz oradayıq, biz düzdür orada. Tamam. Orada var və bir də məsələn bir daha da partiya var ki, orada yoxdur. Məsələn İranın Sol partiyası da Farsca Hizb-i Çap İran da federalistdir və son konqresində federalizmi təkcə İranın demokrasisinə bir yol kimi seçdilər. O Hizb-i Çap İran, o da federalistdir və yəni vardılar. Çox güclü, o Hizb-i Çap güclü bir cərəyandır məncə. Yəni istedad var, gələcəkdə çox böyük səslər filan toplasın özünə. Yəni solları toplasın da özünə. Mərkəz sollarını toplasın. Hətta bizim sollardan da eləyə bilər. Amma hər halda bugün ümumi əfkarda keçən 100 il bordizerlə nasyonalizmi sürmək üçün bugün cumhuriyyət alternativi, federal cumhuriyyətin alternativi çox-çox yüksəkdə durur. Təəssüflə. Məşrutə islahatından və reformundan bu günədək farslar tüm yazılı və sözlü müqavilələri, qərardatları ayaqları altına alıblar. Sözlü olsun, şəfahi ya kərtbini hamısının ayaqları altına. Əcəba farslara güvənmək ola bilərmi? Gələcəkdə ki, bunlar məsələn indi gələrlər. Sualımı qoyun təkmil edeyim. Gələrlər deyərlər ki, biz federalizm, indi deyərlər federalizmi qəbul edirik, ya səltənət tərəflər, məsələn indi qanun yazmırlar falan. Bunların əcəba sözlərinə, ya yazılarına, o tarixi təcrübəyə dayanaraq güvənmək olarmı? Biraz cümlələrinizi islah eləmək lazımdır. Farslar, farsların ən böyük kəsimi uşaqlardılar.
Onlar qanunzat yazıblar. Bizdən məsələn indiyəcən qanunla ayaq altına qoyublar uşaqlar filan, ya yaşlılar filanlar. Məncə bizcə deməli Fars siyasi gücü deyə bilərik. Farslar sözü yanlışdır. Yəni Farslar bu gün bu rejimlə də savaşmadadırlar. Farslar qərar verməyiblər, qərardat həsb eləmirlər. Normal insanlar dövlət adamı qərardat ləğv edər. Dövlət. Dövlətin ki, əsən xalqla heç əlaqəsi yoxdur. İran dövlətin istibdadi dövləti keçən 100 ildə. Fars xalqı ondan mücadilə olub hər zaman. Necə yəni bizə Farslar hesablayaq onu? Ona görə cümləyi islah eləmək lazımdır. Fars dövləti ya Fars siyasətçiləri ən azından demək lazımdır. Farslar cümləsi yəni düz deyil. Yaxşı, ondan sonra əcəba onlar yəni onlara inanmaq olar dedinizsə, sən gəlib desələr güvənmək, etimad eləmək ola bilərmi? Siyasətdə güvənmək söz konusu deyildir. Kimsə kimsəyə güvənməyəcək. Siyasətdə hətta yəni Azərbaycan siyasi güclər arasında da güvənlik söz konusu deyilir. Yəni anlaşmalar və siyasi güc balansı. Baxın, mənim soruma diqqət vurursanız dedim ki, anlaşmaların tamamən hamısını ayaq altına qoyublar. O zaman ki, zəifdirlər, qəbul ediblər. O zaman ki, gücə gəliblər, anlaşmaların hamısını tarixdə ayaq altına qoyublar. Yaxşı da, siz orada burada biraz daha çox siyasətdən daha çox əxlaqiyyətə yəni rücu edirsiniz. Amma siyasətin... Əxlaqla işim yoxdur. Ya da ayaqlayıb yəni mənə, anlaşmanı ayaqlamaq yəni mənə. Yəni ki, əxlaqı da ayaqlayıb. Siyasi olaraq, xeyr. Siyasi olaraq, nizami olaraq güc əldə edibdir, gəlib deyib ki, tamam, mən sizi aradan aparıram. Bilirəm, zehnidə, ruhda bir əxlaqsızlıq da olub da orada. Mən əxlaqa etiqadım olmadığı üçün, mən şəxsi olaraq, İnsafəli Hidayət olaraq əxlaqa inanmadığım üçün Ay, dədəsən çox özəlliklərim var da. İndi Hidayət mən özüncə biraz fəaliyyət tanıyaq. Yaxşı, hər halda bugünkü normlarda bir əxlaq mövzusu vardır. Orada bir fəlsəfə yəni kanıdır, mərkəzidir, orada danışmaq haqqında olar. Amma hər halda yəni buna inanmaq söz konusu deyildir. Yəni birinə inan bax, məsələn güvən. Siyasətdə güvən mövzusu yoxdur. Gücün olsa o gücündən özünü qoruyacaqsan. Güc balansı söz konusudur siyasətdə. Tamam, ben sorunu dəyişim. Buna görə ki, sizin istədiyiniz federalizm, sizin istədiyiniz İranda qalıcı olsun, məsələn 100 il, hangi zəmanəti icraisin? Gözəl sualdır. Gözəl sualdır. Zəmanət icrai siyasətdə güc balansıdır. Yəni güc balansı dediyimizdə, əgərsə siz mərkəz və çevrədir, yaxud adım yox, mərkəz və çevrə. Yəni, mərkəz toplum ki, təmərküzgirə və o ideoloji ilə keçən yüzildə filan edilər və çevrə gücü, yəni xalqların və mərkəz demokratlarının bir arada gücü. Ki, indi çalışılır, onların bir etilafı düzəlsin. Elə bir çaba var indi. Yəni, bu balans əgər qurulursa, yəni, sadə dildə desək, federalçılarla mərkəzçilərin siyasi gücü balans qurulsa onda yəni siz orada bir iş görə bilməzlər. Amma balans olmasa onlar üstün... Sorunu başqa cür soruşum. Səttarxanı çağırdılar Tehrana, bir dana medal verdilər, bir dana ad verdilər, Sərdar-ı Milli, sonra da bağladılar silah və öldürdülər. Tamam. Yaxşı, indi icazə versin mən cavab vereyim. İcazə verin. Pişkəbərini qərarda çağırdılar Tehrana, yazdılar, xəl-i silah və öldürdülər. İcazə versin mən cavab vereyim. Sualımı deyim, axı, nəyə cavab verir? Sual bəllidir da. Yəni, niyə Səttarxan getdi Tehrana? Mən onu soruşmuram. Əslən, mən Səttarxanı öldürdülər. O siz soruşmuşsunuz, mənim cavabımın içindədir o. O mənim sualım deyil ki, mən onu axtarmıram. Səttarxanı öldürdülər, geçdi. Mənim sorum budur. Buna görə ki, yenə də gəlib nizami olaraq sabahları sərkub eləməyələr gücləncəsi də var. Gücləncəsi o zaman da var idi. Amma sonra biz silahımızı qoyduq, gəldilər, öldürdülər. Siz bunu nədir saxlayacaqsınız? Əcəba Azərbaycan və Türklər İranda buna görə ki, o federalizmi qoruyələr müsəlləh olmalıdırlar, müsəlləh qalmalıdırlar ya yox. Soru budur. Kulaq asın diqqətlə sözümüzə. Siz biraz mövzunu ki, orada yəni gerçəklərdən uzaqlaşdınız. Baxın, Səttarxanın Tehrana getməsi kökündən bir yanlış siyasətdir. Səttarxanın ölümcül
yanlış bir siyasətidir. Onun mərkəzliyə dəxli yoxdur. Vaxtı sən orduya qələbə çalmışsın Təbrizdə, orduya qələbə, ordudan sonra başqa bir gücü yoxdur İranda. İndi sən bir orduya qələbə çalırsan, deyəsən gəlirəm Tehrana sizə bir iş görüm. Bu yanlışdır. Duracaqsan orada, deyəsən bura mənim mərkəz gücümdür, səndən anlaşmaya varmam lazımdır. Sən nümayəndə göndər, mən də nümayəndə göndərim. Səttarxanın ölümcül və çox yanlış və hətta bir bilməz siyasətidir. Ki, bu bizim, hətta orada bizim azadlıq imkanımız Səttarxanın ordunun yenilməsində varımızdır. Əgər Səttarxan getməyəydi, Səttarxanda siyasi fikri yoxdur, bunu bilirsiniz. Yəni, o qədər siyasi teori, fikir, dünya siyasəti, bölgə siyasəti, bunlardan bilmirdi. Hətta Səttarxanın çox yerdə sözü var ki, ağalarımız nə deyir, yəni ayətullahlar, üzmalar nə deyirlər, mən onların sözü ilə hərəkət edirəm filan beyman. Məşrutəçi yəni ayətullahların Səttarxanı əllərində oynadırdılar. Beləsi desə, yəni, baxın, burada diqqət edin. Burada bizə dərs var tarixi, bizə. Onlar deyildilər. Əvvəla biz orada Qacar dövründən danışırıq. Orada Qacar dövründən danışırıq. Orada onlar deyil ki, bizə qələbə çaldılar. Bu bizim yanlışlıq, bilməməzliyimizdir, bizə qələbə çaldırdı. Səttarxanla rəhbər, o zaman üçün əgər Səttarxanın təşkilat olsaydı, siyasi təşkilat, Səttarxanı öldürsəydilər, heç də olmazdı. Taza bir rəhbər seçərdilər, yəni təşkilatı Təbrizdə saxlayardılar, biz devam etməliyik. Bura bizə qələbə çalmışıq. Ordudan da başqa bir güc yoxdur. Sən orduna qələbə çalmışıq, bura bizə aiddir. Bundan sonra yalnız anlaşmalıyıq. Çün yox idi, getdi, yenildi. İndi gələk Pişəvəriyə. O yanlış siyasət. Gələk Pişəvərinin mövzusunda. Pişəvərinin mövzusunda yəni, baxın, Pişəvərin əsli, yəni Pişəvəri də milli hökumətin, ya firqənin mənim nəzərimdən böyük, çox böyük, ölümcül siyasəti geri oturma siyasətidir. Geri oturma. Yəni, ələ aldığı gücü saxlamaq üçün savaşma. Bir gündə savaşmadı. Hətta ordu Təbrizə gəlmədən 3 gün qabaq liderlər boş verdi. Mən onu düzgün bir şey bilmirəm. Çox yanlış, hətta xiyanətkarana bir siyasət bilirəm onu mən. Ki, sən bax, əgər hizbisən, seçilmiş dəyilsən, sən hizbinin tərəfindən gəlir, ordu mərkəzdən gəlirsən, təslim tutsan, görürsən, ya burada müqavimət eləyənmədin, savaşını gedirsən, əqəbmişdən gelirsən, o bir dağın dalısına. Ora gedirsən, bura gedirsən, hətta ölkədən çıxırsan. Amma bir devlət kimin, devlət başçısının haqqı yoxdur ölkəni tərk etsin. Dövlət seçilmişdir, iktidardır, egemenliği təmsil edən ünsürdür. Məncə, milli hökumətin İrandan çıxıb geri oturması 3 gün ordudan yetirmə bir xiyanətdir. Mənim nəzərimdə. Ona görə onlar lazımi görevlərini hər nədənsə yerinə gətirməyiblər. Bir də problemi indi tanıyırıq. Bilirik nədir problem. Hizbin, firqənin bütöv bir partiya olmamaq üçün, tarixi olmamaq üçün, ideolojik cəhətdən anlayışı düzgün, bir anlayış olmamaq üçün, cibhənin qurulduğu üçün, məsələn, ağır anıda firqənin rəhbərləri 3 yerə bölünüblər. Stalinçilər olublar, birya, yəni firqənin əqəbmişində geri oturma fərmanını birya verib, Pişəvəri yox. Pişəvərini ləğv ediblər rəhbərlikdən, birya qoyublar ki, fərman əqəbmişini veribdir. Sonra da biryanı gördük, nə hala düşmüşdü, gəlmişdi, qeydmişdi bizə. Orada, yəni Cavid Şahla barışaq, problem olmasın, gəlsin filan və Pişəvəri ilə müqavimət tərəfdarı idilər. Yəni, firqənin rəhbərliyində əksəriyyət xiyanət cibhəsində idilər və ona görə şişəsiyiblər. Yəni, bu bunu göstərir bizə dərsi budur ki, yenə də bunu başqaları deyirlər. Bizim problemimizdir. Nəinki düşməndən intizamımız olsun ki, sən bunu bizə niyə gəldin? İndi mənim soruma cavab verin də, baxın. İndi soruma cavab verin. O tarixi təhlillərdən biraz azalsaq, suallarımıza gəlsək. Tarixi təhlil olmasa sən nəticə alınmasan. Cənab Şamili, başarmırsınız qısa danışmağı. Bunu mən yavaş-yavaş öyrənməliyəm. Yox, ciddi deyirəm. Bu şeydir. Yəni, məsələn, bir dənə ciddi mediada müsahibəyə girsəz, məsələn, biz ciddi mediada deyilik da, biz yox, yəni
düşüncesel bir şey yok. Medya da yok. Ben burada medya değilim. Ben burada düşüncesel bir sistemin üstünde danışırıq. Ona göre geniş danışırıq. Bəli, vaqiyyət ki, nə qədər qıssa danışdılar sözlərinizi bir tikrar çoxdur. Bir də bu qıssa danışmaq məsələsi. Amma indi sualım olur. Sualım mənim sizdən ki, cavab şamili buna görə ki, Səttarxanın təcrübəsi və şəriət mədarini və milli hökumətin təcrübəsi təkrar olmasın. Əcəba millət Azərbaycan ya türklər müsəlləh qalmalıdırlarmı? Baxın, mənim sözlərim o qədər aydınlı ki, bir siyasi bilənə ki, nə demək və nə işləmək lazımdır. Bu gün hakimiyyət dedik ki, İran rejimi qutulur. Milli hərəkətin görəvi Azərbaycanın siyasi və əskəri kontrol altında tutmaq lazımdır. Bu işi görməsə, yanılmaq və... Axı, yox ki, yox, sorun oranı bildim, oranı dərk elədim. Sizin boşluğunuz buradır. İndi Məclis-i Müəssisan dedi ki, silahları təhvil verin. Məclis-i Müəssisan deyəməz silahları təhvil verin. Dövlət, yəni bir dövlət deyə bilər silahları təhvil verin. Məclis qanun təsdiq. Məclis-i Müəssisan dövlət qurdu, biləxərə getdi dövlətə. Dövlət dedi ki, silahları təhvil verin. Neyniyəcəksiniz? Əgərsə bizim haqqımız əldə olmayıb federalizm savaşacaq. Əslən federalizmi veribdir. Mən istəyirəm bunu deyəm ki, federalizmi də deyib, okey. Amma sabahları dedi silahları da verin. Silahları verdi, gəldi bastırdı nə federalizm. Orada bir daha yanlışlıq var sizdən. O da budur ki, federalizmin devlətini mərkəzçilər qurmazlar. Ora yığışan qüvvələr təşkil edər. Sən nə bilirsən ki, məsələn, əgər sən silahlı olmasa gələr ağdar da, təcrübəsi də budur. 100 ildə bunun üstündə aparıb fikir. Baxın, çətinlik var. Amma baxın, siz indi getmişsiniz, yəni sizin təsəvvür üçün İran'da deyəcəm bu dövlətlər var. Federal sistemində də elə başçılar elə bunlar olacaqdır. Olay olmayacaq. Əgərsə balans güc vardı və biz 51% rəy gətirmişik, Noxus vəzir bizimki olmalı lazımdır. Yəni Noxus vəzir bizim adamımız olmalı lazımdır. Onun vəzirlərinin ən azı yarısı bizim adamımız olmalı lazımdır. Onlar nə tür fərmanı əmr verəcəklər. Yəni mən özümüzə deyəcəm, gedin orada Azərbaycanca edeyim. Məsələn deyə, bir Azərbaycanlı, bir Türk, bir filan, ələlxüsus bir Türk olacaq, yəni istər-istəməz. Noxus vəzir. O nə tür deyəcək, özünün əleyhinə fəaliyyət edəcək. Əgər bizə 51% məclisdə rəyimiz var, seçilən Noxus vəzir bizdən olmalı lazımdır. Başa düşdünüz? Baxın, yəni o da ki, sizin zehniyyətiniz var. Sizin bir zehniyyətiniz var keçmişdə. Sabahları mərkəzi sistem gücləndi. 1 il sonra, 5 il sonra mərkəzi sistem gücləndi. Nə düzgünə bilər bu şərait keçib, siyasi qüvvələrin balansı vardır. Yəni, mərkəzçılıq gücləndi deyəndə necə gücləndi? Necə yəni? Siz baxın, siz deyirsiniz, mərkəzçılıq bir dənə qanun yazılır ora. Rejim dağılır, qoyun mən açım da pəs. Bu tür olar güclənər. Rejim dağılar, Cumhur-İslami, Farslar zəiflikdə olarlar, yəni Fars sistemli düşünən, mərkəzçilər zəifdə olarlar, gələrlər geçici bir teori, plan, strateji. Qutaq müddətliklər də qısa zaman içində gələr deyəcək, biz gələk bunları yığaq, hələ bir federalizm qəbul eləyək. Elə ki, bunları yığdıq, bunları yavaş-yavaş öz nürularımız qorxublar, qaçıblar, bunları toplarıq, orduda, sipahda, orada, burada təşkilatlandırırıq. Elə ki, hər şey gəldi, bizim təcrübəmiz var, onların təcrübələri yoxdur. Biz siyasi yox, Türklər siyasi, cənabızda bunu işarət edirsin, təcrübəsiz bir siyasi gücükdə. Onlar amma təcrübələri var, 100 il təcrübələri var və 100 ildə də çox terroristi təcrübələri var. Çox əcib. Gəldilər, sabahları dedilər ki, gücləri yavaş-yavaş Azərbaycanda da mərkəzçiləri yığdılar, Kürdistanda da, Ərəbistanda da, Bəluçistanda da, hər yerdə yığdılar. Dedilər, tamam, bir dənə koditə edəyək. Neyini yapabilirsiniz? Bilərsiniz, silahınız da yoxdur. Siz yəni çalışırsınız ki, deyəcək həman şey tikrar olar. Baxın, federalizmdə məntəqələr siyasi güc var. Orada polis var, orada silah da var hətta. Baxın, məntəqə, polis iyaləti sistemin ixtiyarındadır. Silah da onun əlində vardır. Və bölgələr bölünür. Yəni, polis deyilmə bilər, məsələn, təyyara ki, boyu gətirir, onun qabağı polis təyyara hardan gələcək? Hardan gələcək təyyara? Göydən gələcək təyyara. Göydən gələn təyyara bir yer almaz, yəni zəminin necə ol, yəni
qaradan, topraqdan bizə gəlməsə heç bir şey gəlib yer patlar gedər. Neynəsin, Yox nə da, olacaq? axı 4 dana Bir polis də, tankın qabağında bir də neylər? qulaq- bir də 4 dana qulaq- bir də polis qulaq asın. tankın qabağında Bir də neylər? qulaq asın, o orduda danışırıq. Orduda olanların hamısı onu tarifçi eləmirlər ki. Orduda ki onu tarifçi eləmirlər. Orduda fikir eləmək yox. Orduda Ordunun fərmandehi imzalayanda deyir ki, o qanun əsasiyə bağlılığı var, anayasaya bağlılığı var. Bir də orada deyir ki, fərmanıdır. Xeyr, dövlətin fərmanında olacaq daha, dövlət olmaz. bilirəm, dövlətin fərmanı, amma anayasaya aykırı bir işdə bir fərmandehi görə bilməz bir işi yəni. Gözə aşkara. Görür da, geçən yüzündə görür. Qulaq asın. Geçən yüzündə görür. Ordunun içində, yəni bax, hər zat möhtəməldir. Bəli, bu söz ki, siz deyirsiniz, bu böyük bir komplo teoriyadır. Bax, federalizmin qəbulu İranda bir yəni mənə. Yəni bölgələr özləri idarə edəcəklər. Başqa yerdən ora adam götürüb gəlməyəcək. Mənim baxın, onları bildim. Ordu nə cür idarə olacaq? Yəni siz bu ordunun fərmandehliyi mən sizdən bunu soruşuram bax. Sistemi ki eləyə bilər sizin federalizmi qoruya, orduz gərək olsun. Əcəba ordunu alırsınız, məsələn, hər iyalətin özünün ordusu olurmu ki, lazım yox, hər iyalətin ordusu olmaz. Tamam, qurtardı. Federalizmdə hər iyalətin ordusu olmaz. Amma bu söhbət ki, əlbəttə ki, bunlar danışıb ideal vəziyyətdir da. Yəni, hər bir hadisə hər yerdə düşə bilər. Yəni, o eşatı Sovyetdə kodete oldu və vurdular bir-birinə. Məqsud amma budur ki, federal sistem qəbul olursa anayasada, o böyük bir hadisə, çox böyük bir hadisədir. Yəni, o işə çox böyük işlər lazımdır. Olandan sonra, yəni ki, sən Azərbaycan qüvvəsindən sonra başqası girə bilməz. Orduya da dünyada federal dövlətlərin ordusuna necə qanun yazıb? Onu qanunu orada yazmalı lazımdır. Bir də indi bir dəqiqə. Məşrutənin anayasasında iyalət, vilayət deyə maddə var idi. Amma gəldilər aradan apardılar. Milli hökumətlə qərardat yazdılar, Tehranda imzalandı. Milli hökumət silahların təhvil verdi. Qaçdı deyəndə çünki silahların təhvil verdi. Orasını bəs deyim sizə, orada nə olubdur biraz. Baxın, şey gəlir, Müzəffərəddin Şah ki ölür, Məhəmməd Əli Şah gəlir. O qanunu yazıb, məclis seçilmişdi filan da o müxalif idi, yəni diktatorluq tərəfdarı idi, da məclisin müxalif idi. O tür bir şey yoxdur ha tarixdə, bunu farslar deyirlər. Məhəmməd Əli Şah təhcə adamdır ki, deyib ki, məclisi məşrutə, yəni konstitusyon deyibdir. Müzəffərəddin Şah konstitusyon deyib ha, bunu deyib. Məclisi bağlatdırıb bə. Məclisi bağlatdırmayıb ki, məclis kodita eləyibdir, bağlayıblar. Məclis kodita eləyib? Bəli, 50 dana təşkilat-ı müsəlləh var idi məclisdə. 50 dana. Yəni Məhəmməd Əli Şah nə oldu Məhəmməd Əli Şah? Nə oldu? Eləyiblər. 3 dəfə Məhəmməd Əli Şahı terror eləyiblər. Məclis, nümayəndələr. Nümayəndələrin siyasi... Əhməd Şah gələndən sonra nə olub İranda? Əhməd Şah gələndən sonra? Əhməd Şah gələndən sonra... Qanuni dövlət qurulmuşdu. Əhməd Şah gələndən sonra Farsla, yəni o şey sistem, bunlara geçməyək. Fars tarixi ona görə deyirəm geçməyək. Çünki indi burada Fransızlar gəlir, siz deyərsiniz ki, yəni, baxın, bu indi ki, bu səvayət edirsiniz, bu Məhəmməd Əli Şahın, yəni Məhəmməd Əli Şah müxalif məşrutiyyət, bu Azərbaycandan və Loristandan da lorlardır daha çox. Əslən bizim, baxın, siz Təbrizlisiniz, ya yox? Təbrizlisiniz? Mən Təbrizdə doğulub böyümüşəm. Tamam, Təbrizdə sən eşitmişsiniz, Məhəmməd Əli Şah bir diktator deyə bir xatirə eşitmişsiniz. O qədər pulsuz idi ki, Tehrana gedənmədi. Tehrandan pul borc aldı getdi. Bu adam diktator, nədir bir diktator idi? Xamneyi də... Bu qədər yox idi Tehrana geçsin. Yəni o diktatorluğa nə dəxli var? Diktator olsaydı pul olardı, şeyləri bazardan pul olardı, oradan burada kəsərdi filan pul olardı. Siz Məhəmməd Əli Şahın tarixini bilmirsiniz məncə. Məncə oradan gücək. Bəhs eləməyəm, ona görə deyirəm. Çünki bu tarix ki biz bilirik. Əgərsə onlar o cür bir sistemizdə Əhməd Şah gəldi. Əhməd Şah da bir demokratik bir dövlət quruldu. Bir dəqiqə, cavab Şamili. Bu tarix ki cənabız və mən bilirik, bu tarixi keçən 100 ildə yazıblar bizə deyiblər. Yəni bu hadisə keçən 100 ildə olub da. Bölümü də var ki, cənabızla mən Təbrizdə yaşamışıq, amma Məhəmməd Əli Şahı diktator Təbrizdə heç kəs bilməyib. Heç kəs. Bir dana xatirə yoxdur. Ki, deyək ki, Məhəmməd Əli Şah Təbrizdə bir dana xatirə ki, diktator idi.
Və cəlibdir ki, bizim nəslimiz ondan nə xatirət ola bilər. Məclis-i Məşrutəni o adam ki, deyibdi tarixdə, yazılıbdı adına, birinci dəfə məşrutə sözünü ağzına gətirən Məhəmməd Əli Şahdır. Ağzına yazıbdır, məktub yazıb, ağzına gətirməyibdi. Məktub yazıb ki, məclisi məşrutə. Müzəffəriddin Şah məclisi məşrutə verməyibdi. Məclisi müşavirə veribdi. Əslində məşrutədən danışmışdı. Deyir ki, bir dana məclis qurulsun, çünki qabaqda 3 dana məclis qurulmuşdu müşavirə. Bir dana da məclisi müşavirə qurulsun, dövlətə müşavirə versin. Mən bilmirəm ki, nə istintac edirsiniz bunları? Yəni, bunlarda ki, sizin şəxsi nəzərlərinizdir. Yox, deyirəm tarixə getməyək. Tarix bir yerdir tamam, ki, siz tarixə çəkdiniz amma yaxşı, Uzunsidə Əhməd Şahın dövründə nə olubdur? Əhməd Şahda nə olub? Əhməd Şahın demokratik dövlət var. Ona görə deyirəm ki, baxın, ona görə deyirəm ki, biz tarixə getməyək. Tarixdə Yox, mən bilmirəm, siz yaxbıcır deyirsiniz. Əhməd Şahdan sonra niyə bir demokratik? Əhməd Şah, yəni Məhəmməd Əli Şah kütlərindən sonra Əhməd Şahın dövründə bir demokratik bir dövlət İranda bu qanun əsasında. Əhməd Şah deyildi ona görə. Əhməd Şah əslən dövlət qura bilmədi ki, biraz uşaq idi. O dövlətdə ki, uşaq idi. 12 yaşa, 13 yaşından getdi. Baba, qanun əsasıya əməl eləməyə şərti var. Şahı ötürür. Yəni, binayı siyasının demokratik olması. Ya məndən sual soruşmayın, Əhməd Şahı soruşmuram ki, mən sizdən. Mən sistemi soruşuram. Mən də sistemi Əhməd Şahın devrində bir demokratik sistem var İranda. Əhməd Şah uşaq idi. Əslən Əhməd Şah uşaq idi. O uşaqlığa dəxli yoxdur. Mən sistemin yapısını deyirəm. Qulaq asın. O zaman da ki, birsinə yetişdi ki, Eliyəblə fərman verə, onda da Rıza Şah adında, Rıza Koditacı adında bir dəfə kodita elədi. Aldı əlinə, dedi, çıx məmləkətdən eşiyə, qutardı getdi. Onun dövləti belə bir dövlətdir. 6 il hakimiyyətdə olubdu Əhməd Şahın dövrü. Uşaq olubdu, hakimiyyətdə olmayıbdı. 6 il uşaq olubdu. 6 ildə 18 yaşına yetişmədən. Baxın, mən onu soruşmuram Əhməd Şahın nə olubdu. Mən deyirəm ki, yapı Əhməd Şahın dövründə yapı, siyasi yapı demokratik bir siyasətdir. Qanun əsasıya paybəndlik siyasətdir. Əhməd Şahın dövründə. Bu siyasətdir. Nəyi qəsdinizi bilmirəm. Yəni, siz onu o cür görmə, Məhəmməd Əli Şahı demokrat göstərməniz, Məhəmməd Əli Şahın haqqında çox pis şeylər var Təbrizdə. Çox pis şeylər. Əslən Təbrizdə bir dənə xatirə yoxdur ki, onu deyək. Var, çox xatirələr var. Tamam. Buradan geçək. Ora getməyəm. Sizin federal sistemdə, baxın, bəlkə də Əhməd Şah özü, Əhməd Şahın bu rəftarı idi ki, suala cavab verirsiniz. Vallah bunlara getməliyim. Tamamdır. Lütfən suala müstəqim cavab verin. Qoyun mən rahatım. Fəqət yəni mən müttəhəm olam, daha suallardan gelirsiniz. Suallardan çıxırsınız. Tamam. Federal sistemdə, yəni sizin federal sistemdə Azərbaycanın sərhədlərin necə təyin ediləcək? Biz sərhədlər haqqında danışdıq da qabaqca. Dedik biz bugün, biz hizb olaraq genel sərhədlərdən danışmamız lazımdır. Siyasi xəritədən danışmamamız lazımdır. Onu danışdıq. Yadınıza gəlir. Yəni bugün düzgün deyil ki, yəni rəsmi siyasi xəritə biz də çıxardaq. Hansı partiya çıxardacaq? Kim çıxardacaq? Partiyanın da işi deyil bu, yəni gəlsin. Bilimsel xəritənin üstündə işləmək zərurəti var. Mənzur bilimsel xəritə yəni elm adamı, tarix, siyasət, coğrafiya, siyasətdən otursun, xəritə təxəssüs olsun, otursun, araşdırsın ki, Azərbaycan xəritəsi haradır, dəqiq. Araşdırsın, tarixi araşdırma aparsın. Axı, nədir federal quracaqsınız? Acaba federal bəlli olmasa nədir quracaqsınız? Baxın, bir federalın devləti, bir hizbi deyil ki, onu qorusun. Biz genel, baxın, dedim sizə keçində əvvəl, əgər bugün biz rəsmi xəritə versək, bu rəsmi xəritədə partiyaların belə fərqli var bir-birindən. Siyasi hizbilərin xəritələrinin bir-birinə fərqi var. Bir, Azərbaycan siyasi partiyaların arasında ixtilaf çoxalar ki, düz deyil. İki, xalqların hərəkatı arasında ixtilaf çoxalar. Məsələn, indi elə zaten də problem vardır. Məsələn, Türk məsələsi var, Ərəb, məsələn, Lor məsələsi var, Bəluç, Sistan məsələsi var filan. Yəni, ona görə xalqın içində təzad çoxalmasın. Xalqlar arası təzad, hərəkat arası çoxalmasın. Rəsmi xəritə verməklə biz müvafiq deyirik. Amma xəritənin, Azərbaycan xəritəsinin dəqiqləşməsi üçün araşdırmaların getməsinin tərəfdarıyıq. Kimsə elirsə də çox da sevinərik ona.
ki yeri gələndə məclis bir siyasi güc. Siyasi güc Azərbaycanın məclisi. Yəni sizin parti federal parti olduğu üçün deyirəm də soruşuram. Bu məsələ sərhəddin məsələsini hətta öz içində bəlli eləyibdir. Yəni deməyək o zaman siz ələni demirsiniz. Əlbəttə, mən sizə dedim ki, ümumiyyətdə Azərbaycan deyil, türklərin yaşadığı Azərbaycan və Türkiyənin sınırlarından Həmədan, Əraç, Tehran civarlarına yaxınlaşmaqla şəhər və kəndlərin mütləq əksəriyyət və nisbi əksəriyyətlə kompakt bir bitişik ki... O zamanda, yəni o zaman ki, o güclər gələcəklər, Kürtlər, Lorlar, Gilanilər, Farslar, bizim bu dövrəmizdə olan qonşularımız da, onda bu sərhəddi federal hakimiyyət qurulanda, yəni sərhədlər bəlli olunma da, o sərhədləri o zaman bəlli eləsək savaş çıxarmı sizin nəzərinizə? Sərhədləri diqqət etsəz dedik Qəzvin məsələn. Qəzvində lazımi gücümüz olursa ki, Qəzvini özünə bizə aid etsin, olar mı ya olmaz mı? Lazımi gücün olursa. Məsələn dedim da Kürtlər. Yəni sərhədlər şəhərlərdən və kəndlərdən çıxır. Baxın, şəhərlər və kəndlərdə ki biz varıq. Dedik ki, mütləq əksəriyyət ya nisbi əksəriyyətə sahib olan bitişik bölgələr bizə aid olmaq lazımdır. Ona siyasi gücünə saxlamaq lazımdır. Siyasi gücü nümunə vuraq da Qəzvin elə nümunə vuraq ki, daha biraz elə neutral bir zonda yerləşir. Orada Qəzvində olan güclər və o Qəzvinin Azərbaycan tərkibində olmağına qərar verirsələrsə və lazımi qədər siyasi güc orada olursa ki, o şəhəri qorusun, o şəhər Azərbaycana aid olar ya olmaz? Olar. Çünki varındır siyasi gücün orada. Yox deysə, tərəfdarın yox deysə, ya çox az deysə, sən oraya sahib çıxılmasın. Tamam. Amma bir daha başqa məsələdə artırım ki, mümkündür ki, bir daha bizim məsələn filan şəhəri, filan kəndi bir məsələn qonşu neyri gəlib məsələn işgal eləyə. Amma hüquq qurulduğunda o şəhərin əvvələn siyasi öz gücün ki olsa, gücün lazımi gücdə siyasi və əskəri güc əldə olursa, oradan bir işgal, yəni bir şəhərimiz işgal olursa, oranın oradan çıxmasının uyarısını verməli lazımdır. Yəni mümkündür, yəni tərəf görə ki, sədmə görə çəkilməsə çəkilər. Çəkilməsə hüquq məsələsi var və Azərbaycan öz torpaqlarını, öz siyasi, əskəri gücləri ilə yəni yerin salmalıdır əgərsə güc olsa. Diqqət edin, axirdə deyirəm, əgərsə güc olsa. Çünki bu məsələni əxlaq, filan, mehman deyil, siyasi güclə əldə olar. Ona görə bu məsələdə biraz diqqətli olmamız lazımdır ki, o siyasi lazımi güc əldə olsun. Niyə siyasi güc deyirsiniz? Ordu gücü demirsiniz? Əvvəl siyasi güc olar, siyasi güc olmasa ordu olmaz. Tamam. Siyasi güc oluşduğu yerdə onun ordusu vardır deyə demək olar. Federal sistemdə. Əskərsiz daha indi rəsmən silahınız da yoxdur, amma elə əskərlərin əskərsiz orada oturmuşsunuz. Mən özümü düşüncə sahibi görürəm. Nə cür? Heç, yeri gəlmə, yəni sizi əskəri dəvət eləsələr getməsiniz. Gedərəm. Tamam da yəni. O qədər. Gedərəm. Amma siyasi düşüncəsi olmasaydı əskəri dəvət eləsələr. Mən Azərbaycan Ermənistanla savaşanda da elamı amadəlik elədim ki, çağırsalar gedərəm. O heç də orada da lap da fazlasıyla sizin yəni Azərbaycana aidlığınızı göstərir. Federal sistemdə, yəni sizin dediyiniz federal sistemdə o yerlər, kəndlər, şəhərlər ki, mümkündür türklər orada az olanlar. Kürt çox ola, ya Lor çox ola, ya Fars çox ola, ya Ərəb çox ola, ya Bəlut çox ola, ya Gilanlı çox ola, Mazəndaranlı çox ola. Onlarda bu azlıq, türk azlıqların alın yazıların kim və necə yazacaq? Vallahi düzün sözünü soruşsanız ona bir daha sizə bir diplomatik cevap verim, qəşəng diplomatik cevap. O da budur ki, yəni 3 faktora dayanaraq sən toprakları əldə edə biləcəksən. Siyasi gücün, əskəri gücün, sonra da hüquq, anayasa. Çünki o anayasa məsələsində, o yəni məhkəmələrdə sənin toprakların hardan keçir, onu təsbit etməlisən. Məsələ deyək ki, siyasi gücünə ya filan bəzi şeylər siyasi gücünə, bəzi şeylər bəlkə əskəri gücünə, amma bəzi şeylər hüquqi gücünə bəlkə əldə edə bilərsən. Yəni, indi qalıbdır o mövzuya ki, harada, nədən, məsələn, məhkəmə desin ki,
desən isbat edilsin ki, bu tarixən bura Azərbaycana aid bir bölgədir. Yəni hüquqi bir dövlət qurulandan sonra ona da istinad etmək olar. Amma hər halda üç gücə, hüquqa, silahlı güclərinə, əvvəl aşamada silahlı güclərinə və siyasi gücünə. Tamam. Təşəkkür edirəm. İstədiyim bir sual soruşam, o silahlı gücə təkid elədiyiniz üçün də soruşmuram. Ta İranda hüquq bərqərar olmayıb, demokratik hüquq bərqərar olmayıb və xalqların istəkləri anayasaya girməyib və anayasa praksisə keçməyibdir və o ərxeyinli hasil olmayıb ki, bu iş olmalıdır. Azərbaycanda silah yerə qoyulmamalıdır. İndi sağ olun. Tamam. Orası məni rahatlatır. Nə Azərbaycanda heç bir xalq o işi görməz. Yəni biz elə bir məsələn çox böyük bir söz demirəm. Bu tarix siyasının ən özəlliyidir. Yəni bilmək lazımdır siyasi güc harda və necə etməlidir. Hətta burada bir dənə tıqqılı sual soruşum. Demək olar ki, Cumhuriyet İslami dağılıbdır. Hər millət istəyir ki, oranı ki, təsəvvüründə özünün torpağı bilir, oranı iştigal eləsin ki, sonra məclisdə qanun yazıldı, desin, mən nəsə ora mənimdir, əlində orada otururam. Hətta adamları köçürsün. Siz o şəraitə nəzir görürsünüz? Yəni, baxın, biz geçən dəfə danışıqlarda dedik ki, şiddət, savaş, öldürmə filan bu şeyləri azaltmalıyıq danışımızda. Yəni, fantazi eləməməliyik. Oraya yetişində hər şey siyasi güc bilər ki, eləməlidir. Tamam. Federal İranda Türklərin və Azərbaycanlıların Türk dünyası ilə ilgilərini necə tərif edirsiniz? Bir dəfə də onu sualı verin. Sizin federal İranda Türklərin, İrandakı Türklərin və Azərbaycanlıların Türk dünyası ilə və Türklərlə ilgilərini necə tərif edirsiniz, necə görürsünüz? Çox doğal bir əlaqədir. Ələlxüsus Azərbaycan və Türkiyə ilə sınır bağlarında çox, yəni nə qədər imkan varsa, burada bir şey gəldi, mənə bir mesaj gəldi. Batırız qutarır? Yox, yazır ki, Instagram qısıtlıdır. İndi saat neçədir? Mənə hələ gəlməyibdir, siz onu ötürün. Mənə gəldi ki, tamam. Ərz olsun ki, 4 saat qalır. 4 saat gedə bilirik. Buyurun. Yox, 4 saat biraz çox olaydı ki, aradan çəkilir də. Ərz olsun ki, nə idi dedik ki, bir də deyək, bəni şeylədi. Ərz edirəm ki, federal İranda Türklərin vəziyyəti Türklərdə nədir? Təbiətən, əvvəl Azərbaycan və Türkiyə ilə çox sınır bağımız vardır. Orada mən danışmışam orada bir başqa yerdə ki, ən yüksək səviyyədə azad əlaqələr və ilişkilər Azərbaycanla, Azərbaycan iyaləti ilə, Türkiyə və Azərbaycan dövlətləri ilə olmalıdır. Xalqın alış-veriş, iqtisadi alış-veriş, sosial əlaqələr, kültürel əlaqələr və hətta belə evlənmələr filanlar. Yəni, çox vüsətlə orada açıq olmaq lazım, münasibət. Çünki bu xalqlar bir tərəfdə qohumlar uyanmıyanlardır, yəni, xüsusi bir durumdadır. Amma təbiidir, istər-istəməz, məsələn, Azərbaycanın yerel dövləti öz dildaş ölkələri ilə çox yaxın əlaqədə olsun, alış-verişdə olsun, Azərbaycanın gəlişməsinə o əlaqələrdən daha çox istifadə etsin. Çox normaldır və olmalıdır da məncə. Yəni, hər kəs bu işi görər. Sizcə, yəni sizin partinin nəzərinə görə, məsələn, Azərbaycan, İranda olan Azərbaycan, deyirik da, federal İranda Azərbaycan var və Türklər var. Əcəba bunların Türkiyə ilə Azərbaycan sərhədləri götürülə bilərmi? Pasport işləsinlər, sərmayə qoysunlar, ya... Məncə, federal dövlət deyil, Azərbaycan iyaləti deyil. Azərbaycan iyalətinin Azərbaycan və Türkiyə ilə sınırların nə qədər imkanı varsa, qısıtlıları götürülməlidir. Yəni, məhdudiyyət olmamalıdır. Mənim fikrim budur ki, İran dövləti qurulduğunda, əgərsə demokratik dövlət qurursa və federalçılar orada əksəriyyətlədirsə, həm anayasa demokratik bir anayasa olacaqdır. Yəni, demokratik anayasa oldu, qonşularla çox dostanə münasibətdə olacaqdır. Təbiətən, məsələn, Türklərin, məsələn, deyək, Azərbaycan bölgəsində Azərbaycanla Türkiyə ilə münasibət yaxın olacaq. Ərəblər bölgəsində ərəb ölkələrlə münasibət yumuşatmaq lazımdır.
kütlərin mütəfəkkir o tərəf kütlərin münasibəti, bəluçları bu çox normaldır. Əgər bir federal dövlət qurulursa, yəni belə bir əlaqələr, bağlar çoxalacaqdır. Çox belə normal görürsünüz, amma acaba federal dövlət icazə verər ki, məsələn, türkmənlər, bəluçlar, ərəblər və Azərbaycanlılar, məsələn, mərzi olmaya bunlar rahatca gedib gələrlər ya? Yox, mərzi olmaya adında bir şey yoxdur. Mərzi olmalı lazımdır. Qısıtlamalar olmamalıdır. Mərzi yerində durmalıdır, amma qısıtlamalar şeydir. İndi dünyada hər yerdə bu cür olur. İndi Avropa ölkələr mərzilər yerindədir, amma yəni qısıtlılıq yoxdur. Gəlcət rahatdır. Yəni ticarət gəlcədidir. Evlənmə gəlcədi çox normaldır. Yəni hər kim gedə bir evlənələr. Sosial əlaqələr normaldır. Kültürel əlaqələr normaldır. Məsələn, İttihadiyyə Avropa kimi görürsünüz ki, indi məsələn orada Avropada zahirən bir birlik var. Mərzilər zahirən yoxdur. Məsələn, korona gəldi, mərziləri qoydular yerinə. Amma mərz zərurətlər görünməz mərzi var. Deyək ki, görünməz bir mərzi var. Siz belə bir şey düşünürsünüz? Yox, mərzi vardır, bəllidir. Məsələn, Norveç ilə Suedin arasında mərzi var və Norveç də İttihadiyyə Avropada olmaz. Amma görünməzdir də. Yəni məsələn, görünür. Yəni sən mərzdən keçən yox, mərzdən keçəndə görürsən ki, orada yəni bir türlü göstəriş bura mərzidir. Mənə mani olur da, bu cüsü görünməz deyəndə, yəni ki, mani deyil. Orada məni tutub saxlayırlar, soruşarlar, hara gedirsən, yox, o şey yoxdur. Yəni. O şey yoxdur. O şey yoxdur, olmamalı lazımdır. Məgər ki, qanun icabatıdır da. Təbiətən ölkəni qorumaqdan ötürü, yəni biz müəyyən qanun yazılmalıdır. O qanun çərçivəsində əməl eləmək lazımdır. Amma qısıtlılıq... O qanunu elə yazarlar ki, türklər eləyə bilməyərlər. O qanunu kim yazacaq ki, türklər eləyə bilər, eləməyərlər. Qanunu türklər yazacaq elə. Ki, mən əgər bu icazəni versəm, bəluçlar oradan müsəlləh olarlar, həmlə elərlər, nə bilim... Əgər məclisin sən 51%, federalistlər məclisin 51%-ni təşkil edər, qanunu onlar yazacaqlar da. Onlar niyə o qanunu yazsınlar, özlərində əleyhinə? Çünki 57 inqilabından sonra öz əleyhimizə yazdılar ona görə. 57-dən sonra inqilab kimə federal dövlətidir o, demokrat dövlətidir. Heç əslən hüquq yazmadılar, hələ qala federal dövlət. O bir misal deyir, amma baxın, biz bir problem içindəyik. Biz bir daha çox böyük problem içindəyik, danışıqları. Çox qaba və çox belə əcaib bir əngəl qarşısındayıq. Təbii ki. Bu devlətçilik, bu nasyonalizm, bu şovinizm, bu əzilmələr falan çox böyük bir düşməndir. Yəni biz bu söhbətlər ki, ittifaqın bu söhbətlərin içində onu biraz ağırlığını başa düşməyimiz lazımdır. Ağırlığımız başa düşmək mənası deyil ki, biz məsələn daima nifrət bəsləyək falan düşünməliyik, yol tapmalıyıq. Pozitiv düşünməliyik ki, biz necə eləyə bilərik bundan qutulaq, ona bir çarə qılmamız lazımdır. Ehtiyatda əlbəttə olmalıyıq ki, yəni qorxu vardır ki, hər an sədmə görülək. Tamam. Ərz edeyim xidmətçisi ki, federal sistemdə mən deyəcəm farslılar, cənabınız deyəcək fars deməyin uşaqları da var. Deməyəsiniz onu da, o düz deyil. Federal sistemdə farslardan hangi hüquqi icraî təzminlər almaq olar ki, zorları çatan zaman federal sistemi dağıtmasınlar? Elə bir şey olmaz. Elə bir şey təzminini kimsə də verə bilməz, farslar sözündə işlətməməlisiniz. Məşrutə qanun əsasını aradan apardılar, mən fars deyəcəm. Siyasi gücündən istəməlisiniz. Farslardan siz heç də istəyənməzsiniz. Farslar kimdir? Həsən, Hüseyin, Qasımdan istəyəcəksiniz. Ya bir siyasi hizbidən, ya bir siyasi devlətdən istəyəcəksiniz. Ona görə ədəbiyyatınızı biraz formalaşdırmalısınız. Zərər verən ədəbiyyatdır bu. Bu ədəbiyyat hər kimi eşitsə, hətta türklər belə Tehranda eşitsə, sizdən qorxarlar. Tamam. Sizin buyurduğunuz olsun. Yəni bu, baxın, biraz ciddi olmamız lazım bu sahədə. Çox ehtiyatlı olmamız lazım. İcazə buyurun deyim da. İndi federal sistemdə mərkəzçilərdən hangi hüquqi icraî təzminlər ala bilərsiniz ki, gücləri toplayandan sonra federalizmi dağıtmasınlar? Elə bir təzmini heç kəsdən almaq olmaz. Mərkəzçilər özləri də bir daha gücləyirlər. Fərqli partiyalar, düşüncələr, sağ, sol, orta cərəyanlardılar. Yəni, fəqət dövlətin anayasası ən önəmli bir sənəddir bir daha ölkədə.
anayasa eğerse anayasada bir demokratik devletin kanunun yazdırabilirsek, yani güc olsa yazılır. Yani orada 51% cəmiyyətin, yəni nümayəndələrin çoxluğu ilə yazılabilirsək, o 51 faizə məmləkətdə güc var deməkdir. Yəni onu o rahatlıqda yıxıb əzib dağıtmaq olmaz. Həssasiyyət var, problem var, amma kimsə onlar deyəcəklər mərkəzçi toplumun özünün 10 daha mümkündür partiyası olar. Kimlə sən istəyəcəksən o hüququ? Sənə təzmin versin. Nə təzmini? Dillə, sözlə təzmin olmaz. Sən gücün olması lazım ki, o hüquq və gücü ki alımsan saxlayasan. Olmasa mümkün əldən gedir. Bizim dövlətimiz olub gəlib əlimizdən alıblar. Milli hökumət. Arz edeyim xidmət sizə ki, mən öz Molla Nəsrəddin kimi bir vəziyyətə düşmüşəm. Öz yazdığımı özüm oxuyamıyorum. Arz edeyim ki... Olabilir də. Ondan vazgeçsin o bir kesin aşağısına da. Acaba federal sistemdə, əlbəttə bunu soruşmuşam, bəli rəsmi olaraq bir dəfə də soruşum. Cənabınız da bir işarə eləmişsiniz. Acaba federal sistemdə millətlərin haqqı olacaq ki, qonşular onların torpaqlarını işgal etməsin deyə silahlı orduları olsun. Millətlərin sözü geçək söz çıxmır. Millətləri gələk deməyəsiniz burada da. Çünki Azərbaycan bir millət, yəni millət, etnomillətdən deyirsən da, yəni. Türklər deyirsən, millət deməkdə, yəni məsələn Türklər, Kürtlər, Ərəblər. Çünki qanun yazılandan sonra bölgələrə qanun yazılacaq. Bölgələrə qanun yazılacaq. Nəinki millətlərə qanun yazılacaq. Türklərə qanun yazılmayacaq. Bölgələrə qanun yazılacaq. Azərbaycan, məsələn, federaldır. Azərbaycan sınırları haradır və qanun bu iyaləti dövlətlərə hansı hüququ qaildir. Tamam. Yəni silahlı güc federal bölgələrin ordusu olmaz. Ordu müdafiə sistemi mərkəzi dövlətə aid bir şeydir. Amma orada yine bu zihniyyəti yazıdan çıxartmasın ki, federal bir devlet olanda mərkəzi dövlətin təşkilini elə tamam güclər, yəni siyasi güclər, mərkəzçilərin əlində də, bəlkə tamam güclərin əlindədir ora. Federal dövlətlər, necə iştibah eləsən mənə lütfən deyin. Mən Kanada ilə Amerikanı yenə bildiyim üçün. Xətkeşi qoyublar, çəkiblər, bu iyalət, bu iyalət, bu iyalət. Yaxşı, xətkeşi nədir? Bizim torpaqlarımızda, yəni şərqidə şeydir, addım hesabıdır. Bir addım dalı, bir addım, 10 addım qabaq. Yəni, mərz müstəqim deyil, xətkeşi nə deyil? Ayağına getiblər bu üzə, bu üzə. Oradan fikirsiz ki, bu, yəni, necə olacaq? Siyasi ənənə hər ölkədə və hər bölgədə nə deysə tarixən, o ənənə nəzərə alınmalıdır. Yəni, biz burada Amerika, o Kanada deyək ki, orada İrandır. Necə sınır qurulubsa, o sınırda o cürsi qorunmalıdır. Yəni, orada da bir baxsan sınırların təyin olmasında da bir hesab kitab var hüquqda. Yəni, yalnız biz deyirik ki, dünyada ixtilaf olacaq ki, məsələn, hə, burada belə filandır. Məsələn, balaca sınırda bu kətdir, o kətdir filan. İndi baxın, Azərbaycan 4 tane kətdi qeytərdi Ermənistandan. O niyə qeytərdi? Yəni, Ermənistan Azərbaycanın gözünə aşıq idi, gözü qaşına qeytərdi. Yox, hüquq və o ənənə, tarix, onu kətdi yetirdi ki, bura verməlidir. Orada verdilər, bitdi, getdi. Yəni, əslində güc da, hüquq bilir. Yox, yalnız güc dəyirdi. Yalnız güc dəyirdi. Orada hüquq məsələsi var. Əgər hüquqa Azərbaycanın hüququna o sınır, o 4 tanesi kendi yerləşməsəydi Azərbaycan istəyə bilməzdi. Dünya kamuoyu da icazə verməzdi. Haqsız onu istəsin. Tamam. Acaba federal sistemdə federallaşma dav, tələbanə, yəni könüllülük üstündədir, yoxsa zorla? Baxın, əlbəttə ki, kökündə hani, zor deyil, yəni bir ixtiyardır. Amma diqqət edin, siz bir insansız, deyirsiniz ki, bu şəhərdən gedirəm o birisi şəhərə. Deyirlər ki, burada 2-3 dənə yol var getməyə. Biri maşınla gedir, biri qatırla gedir. Ya qatırla gedənlər də fərqli yollardan gedir. Bir dağın dalısından gedir, bir bu yandan gedir. Sən seçirsən ki, öz güc baxsan, məsələn, deyirsən, mənim maşınım var, yəni, treyilim var, qatırım var, atım var, ya işləyim var, hamısı ilə nə qədər hardan getsən daha yaxşı olar deyə sən seçməlisən. Ona görə bu bir zorunluluqdur siyasətdə. Yəni, strateji seçməkdə bu. Strateji seçməkdə sən mövcud imkanları əldə, yəni baxacaqsan ki, necə edə bilirsən, bu imkandan istifadə edəsən. Sənin nə imkanın var?
orada bir seçim zorunluluğundan demek olar. Yani bu ki mesela diye koysan Azerbaycan siyasi güçlerine diğer daha istiklal daha rahat 2 dakika onu bitti. Ama görürsen ki yok. Çok engeller var. Hiçbir şey olmaz. Ondan sonra başka seçim zorunluluğu da kalsın. Diysen tamam o imkansızsa biz mesela en azı yasal yoldan bu iş gidək ya. Onda federalizmci de anayasa istiklal almanı kanun geçsək sonra mesela indi olmaz. Mesela 50 ildən sonra, 30 ildən sonra, 20 ildən sonra mesela o geçək mesela. Yani bu bir yoldu, siyasetin yoludur. Sen bakacaksan gücüne ve imkanları var, o elverişliye ve seçeceksin yolu. Bu gücü seçimdi. Bir de içinde de bir zorunluluk da vardı. İşte elhamsız balaca milletler. Eğer biz mesela Amerika gibi bir devlet olsaydı ki mesela atom bombu da olsun biraz farklı siyaset. Onda biz təyin edərdik ki harda oluruz, harda oluruz. İranı acaba federal sistemdə, yəni sizin federal sistemdə millətlərin, siz buyurdunuz bölgələr danışaq, bölgələrin və məmləkətlərin, mən məmləkət yazıram, ayrılmaq və müstəqil olmaq haqqı varmıdır? Əgərsə o ölkədə anayasaya de facto bölgələrin, xalqların yox, bölgələrin. İndi Tehran, məsələn, bölgələrin deyəndə, məsələn, iyalətlərin ayrılma haqqını, anayasada de facto haqqı keçirsənsə, əlbəttə, indi məsələn, Əraq var, məsələn, Kanadada görsü oldu, məsələn, ya məsələn, Britaniyada keçdilər seçimə İskotlar. Yəni, bu imkanlar vardır. Başqa yerlərdə də, bəzi yerlərdə bu işlər vardır. Hüquqda dəstək olursa, bu iş mümkündür. Ona görə də bizim təklifimiz, yəni biz federalistlərin təklifi, İranda olan istiqlalçıların təklifimiz budur. Direkt istiqlala geçmə, yəni anayasa, yasal dəstək olmayınca bizə İran iç qanunlarında, dış qanunlarında, yalnız işlərdə dış qanunlarında gözəl, düzgün yol budur ki, biz yasal zəmini fərahəm etmək, bərabərcə də yasal zəmini, yəni anayasaya keçirək, ondan sonra istiqlalçılar bir yol açılıbdır. İndi nə zaman referendum imkanı olacaqdır, onlar bilirlər ki, təklif eləsinlər, qəbul olsun, referenduma gedilsin. İndi, dünən axşam qutlaranda sizdən bir soru soruşdum, ona vaxt gəldi. Dəşdiz o soruya, ya yox? Ya sorunu yadıma salın. Dedik ki, siz əcəba federalist, istiqlalçıların qabağında federalist, yoxsa İranın qabağında federalist? Əlbəttə ki, İrana qarşı federalizmdir. İstiqlalçılara qarşı nə federalizmi? İstiqlalçılarla biz bir yolda yürüyürük. %80 yolumuz birdir bizim. Yəni biz hakimiyyət qurmaq istəyirik. Yəni Türk xalqının qədərini Azərbaycanda təyin eləmək istəyirik. Yəni istiqlalçılar yalnız Türk xalqının 10 milyon Türk xalqının Azərbaycanda qədərini təyin etmişlər. Biz isə 30 milyon xalqın qədərini təyin etmək istəyirik İranda. Həm Azərbaycanda və həm İranın başqa bölgələrində. Bizim fərqimiz elə burada gəldikcə bunu da diklədim ki, fərqimiz odur. Yəni istiqlalçılarla bir yerdə. Yalnız bir bölüm deyil, bəlkə fərqli bölümlərdə qədər. Ona görə bizim yolumuz çox bir-birinə yaxındır. Yəni çox anlayışlı bir-birimizlə rəftar etməliyik. Ələlxüsus bunu istiqlalçılara deyirəm. Çünki bizdə onlara qarşı düşmən hissi ilə xəsmanə rəftar, kötü dil, yəni yıxıcı dil istifadə eləmək yoxdur. Amma onlardan bizə qarşı çox yıxıcı dil, yəni xəsmanə dil, məsələn, belə nə deyim, hətta belə çox pis bir dillər istifadə olur. Düşmən kimi filan ələ vermə. Ona görə onlardan mən anlayış edirəm. Anlayış bəkilirəm, gözləyirəm. Anlayış olmasa bizim iş birliyimiz, yaxınlığımız az. Biz Azərbaycanın siyasi gücləriyik. Türkün siyasi gücü. Bu siyasi güc qısıtlı bir gücü. Baxımımızda, bizim tariximizə baxdığımızda millətimiz mərkəzlərin yanında durduğunda keçən 50 il bundan qabaq Cumhur İslamının 98 ayında tamam cəmaətimiz ora rəy verməsində bilməliyik bu günü. Ki biz birimizin yanımızda durmasaq, yəni Fatihəsi Azərbaycanın oxunar. Hələ biz birimizin qarşısımızda duraq. O da bizdəyik istiqlalçıdan qarşısında. Olardılar ki, çox belə, yəni ümumiyyətdə da, yəni çox geniş ümumiyyətdə desəm yaxşıdır. Əsən, yəni İrancı adlandırma, düşmən adlandırma, satqın adlandırma bu şeylər çox ağır şeylərdirlər. Fikr elə ki, sabahları bu həman zehniyyət, bu zehniyyət ki, məsələn, bir dənə federalçını bilür,
satqın bilir. Sabahla Təbrizə düşdü. Bu məhəllə federalistlərin əlində deyil. O məhəllə istiqlalçılardır. O istiqlalçılar bu məhəllə ilə nə muamele edəcəklər? Əlbəttə istiqlalçılar içdə bilirlər ha, içdə federal etiqadları var. Yəni məsələn müstəqil Azərbaycan federal müstəqil. Onu lütfen bura qatmayın. O yəni tocihdir bu iş. Biz ondan danışmırıq. Mən də elə içdə federala qailəm. Azərbaycan içində hakimiyyət federal olmalı dedim də ama onu ötürün. O bəhsimiz yox, istədim deyəm ki, onlar gəlsinlər. Siz buyurursunuz bu məhəllə istiqlalçı, bu məhəllə federalçı. Bizim problemimizdən İrandır. Tabii. İranla biz İran qarşısından siyasət eləməliyik. Yoxsa Azərbaycan içində. Amma deyək də Təbrizin bir məhəlləsi, bax komitəsinin bir məhəlləsi şəriət mədarçıdır. Bir məhəlləsi Xomeyniçi də Təbrizdə. Yaxşı, yəni indi fikirlə ki, bunlar olar düşmən görələr, satqın görələr filan, silahı da əlində olar. Deyəcək bu satqınnaməyə verilir. Onda nə olacaq? Gəlib bu hücum eləsə Azərbaycanın içində iç savaş salırsa, onda düşmənə xidmət eləmirmi? Ona görə mən onlardan anlayış gözləyirəm. Çox dərin anlayış, çox dərin anlayış. Olmursa Azərbaycanın və Türk xalqının dərin ziyanlı olur. Ona görə biz siyasi güc kimi bu anlayışda olmalı ki, hər zaman yan-yana durmalıyıq birbirimizin yanımızda. Bir də əgərsə xalqımız səs verəcək ki, hani indi xalqın məsələn %10'u istiqlalisti, cidətin istiqlalisti açacaqlar, %90'ın başına qoyacaqlar kəndə istiqlalları. Sağ Kamil, bir dənə gülməli sual soruşacağım. Biraz gülməli olacaqdı amma. O mərkəzçilər, xüsusən faşistlər, şovinistlər, federalçıları təzyiq tələb bilirlər ya yox? Əlbəttə təzyiq tələb bilirlər. Niyə? Bilmirlər ha. Onlar ki İranda, dikkat edeyim burasına. İlginçdir, güzel sualdır. Qoy buna biraz dərinləşək. Bu güzel sualdır. O zaman ki, geçen 100 ildə heç zaman Azərbaycanda var bu 20 ildə zaten da mesela istiqlal mövzusu olur 20-20 ildə Azərbaycan. Yəni Azərbaycan istiqlalından sonra əslində bu fikirlər gəlibdir. Zəif idi amma indi daha çox məsələn güclənib. Yəni geçen 30 il buna qabaqda tarixdə Azərbaycandan bir istiqlalçı adam yox idi ki heç vaxt. Yəni kim cavabımız heç zat yox idi. Yəni heç zat olsa federalistlər var idi. Mesela İnqilab 57'də federalistlər var idiler. Amma istiqlalçı yoxumuzdur. Amma geçen 100 ildə bizə təzyiq tələb deyiblər. Niyə? Niyə? Olmayan yerdə təzyiq tələb deyək, ya istiqlalçı deyə olmayan yerdə bizi niyə o adlandırıblar? Pəs bilə-bilə bizə təxribat aparmaq üçün, bizi gözdən salmaq, xalqımızın gözündən salmaq üçün, biz meydan siyasi qazanmayaq deyə gəlib bizə təzyiq tələb deyiblər. İndi nə ittifaq düşübdür? İndi gəlib bizim içimizdə də bir kəsim istiqlalçı olub. Olaya deyəndə ki, olaya biz o zaman deyirdik ki, tamam bizə deyirsən təzyiq tələb, biz xalqa göstərə bilirdik ki, bax, belə bir bizim fikrimiz, istiqlal fikrimiz yoxdur, biz federalçıyıq. İndi deyəndə ki, biz federalçıyıq, tamam, bax, gətirir, daha çəkik göstərdi, tamam, bunlar istiqlal, bunlar təzyiq tələb vardı. Yəni, bu nə? Onun cavabı, o təbliğatın. İndi diqqət edin, İranda əfqar-ümumi təzyiq tələb çox təhlükəli bir şeydir, onu deyim sizə. Yəni, əfqar-ümumiyə mənfi təsir qoyan. Onlar indi tikrar ellər. Məsələn, bizi də təzyiq tələb tanıtır. Niyə? Gözdən salsın da, əgər gözdən salmaqdan ötürdü, mən o şuarı verirəm, əcəba o faşist, o şovinistə köməklik eləmirəm ki, öz fikrinin gəlçək olmasını topluma göstərsin. Başa sala bilirəm nə dedim? Yəni, həman şuarına mən ləbbeyk deyirəm. Deyirəm, hə, mən təzyiq tələbəm. Halbuki ailəmin içində İranın istiqlalı bir ailəmin içində müdafiə mümkün eləyəməyəm. Amma o deyir ki, adım çəkmədən də bizə ad çəkmədən, istiqlal olmadan bizə deyir təzyiq tələb. Yəni bu təzyiq tələb çox təhlükəli bir şeydir. O bilir ki, ondan sonra istifadə edəcək. Milləti bizim haqqımızda qorxudub diskidəcək. İndi biz bir bölümümüz gəldik təzyiq tələb. Onlar deyirlər, buyurun. Bunlar deyirlər, dünəcən biz istəmirik, buyur. İndi hizblər də var təzyiq tələb məsələn. O cəhətdən də siz bir anlatırən gözəl söz dediniz. Dediniz ki, bunu ola ki, federalçılar deyənmirlər istiqlalına, ona görə federalçılar. Qəşəng sözdür. Qəşəng sözdür. Bunun mənası budur ki, bizim toplumumuzda istiqlalı təbliğ eləmək olmaz. Yeri yoxdur yəni, fəza yoxdur. Fəza olmayan yerdə sən nə bir strateji gerçəkləşdirə bilərsən. Təbliğ eləyən bir fikri sən təbliğ eləyənməsən, nəzər o fikri əməli edə bilərsən. Görürsünüz, hər zat deyir ki, biz bir yol getməliyik. Bir yerə qədər getməliyik. Zəmin fərahəm edir. Bizim mərdumumuzun zehni
Baba, bizim cəmiyyətimizin zeyni mərkəzçilərin yanındadır. Bu vaqiyyətdir. Tamam, Bu bir dənə, təşəkkürlər. indi nə qədərsin bilmirik, amma hər halda budur. Təşəkkür. Dostlardan gözəl sözlər yazırlar. Acı sözlər də yazan da vardı. Ərz edeyim xidmətinizə. Bəziləri də istəyirlər gələrlər danışalar. Dostlar, bizdə bizim bərnaməmiz bir dənə məmuli bərnamə deyil. Əslində bu bir dənə çox yüksək səviyyədə siyasi danışıqlardır biz aparırıq ki, İran toplumunda getmir. Türk toplumunda da getmir. Yəni birinci dəfədir biz bu səviyyədə çalışırıq ki, şeylər aparaq. Sorularımız var, o soruları aparırıq. Bir də dostlar için istəyirlər soru sorular, adları, şöhrətləri və əksiləri bəlli olmalıdır. Biz tanımasaq onları belə sorularını oxumuruq. Mən əlin hər kəs hər nə yazır, oxuram. Üst-üstə, yəni buradan oxuram, görürəm nə yazırlar, nə istəyirlər. Təbii ki, onda suallarına təsir qoyuram. Məncə əgər dərin, düzgün, qəşəng, ciddi sual varsa, ciddi sual olsa təbii mi? Yəni onlar oxuram. Onlar əgər ciddi bir sual olsa, amma bizim 500 sualımız var. Yəni çox ciddi, dərin suallar ki, mətrəh olmayıbdır buracan, onları burada mətrəh edirik. Yəni tarixən mənim nəzərimcə mətrəh olmayıb. Bəzi dostlar birdən gəlirlər, zəng vururlar, yox, bu sualların hamısına cavab verəndən sonra sual qalırsa birinə, onlar onda da yaxşı olar, o cür. Yəni indi hələ sualların hamısına cavab verilməyib ki. Təbii ki. Yox, suallarımız çoxdur, çoxdur. Üst-üstə siz 50 dənə suala cavab verməmisiniz buracan. Yəni 500 sualın 350'sini alacaq. Mənlə bir mübahisəli bir sual-cavab içindəyik. Bəlkə bir daha istiqlalçı dostumuzla ki danışacaqsınız, bu mübahisəz olmayacaq onlarla. Amma mənlə üçün fərqli fikirdəsiniz, mübahisənin şeyi daha meydanı biraz daha çox şeydir. O da doğrudur. Yəni şey eləməyim. İttifaqın bu bəhs daha çox yayılacaq. Çünki bəhs burada gedir də biraz da. Təbii ki. Və bunu daha çox istərlər ki, görək nə dedilər, nə istədilər elədilər. Təbii ki. İranı federal etməkin amacı nədir? Niyə istirik İranı federal eləyək? İranı saxlamaq istirik. Söz konusu deyil. İran'ın söz konusu deyil. Bir ölkədə çalışma ədalət bərqərar olmaq üçündür. Ədalət və bərabərlik və demokrasi və müasir hakimiyyət qurulması və bir toplumun gəlişməsi və saadəti. Əslən bu iki İranı saxlayaq, İran bir güclü, İran qədimi dövlətli, İran nə bilim nəfti var falan, bunları nəzərə almırsınız yəni. Mütləq yox. Nə mənə nəzərə alırsınız? Yalnız xalqımızın səadəti, haqq sahibi olması, bugünkü müasir hüququna sahib durması və toplumunun gəlişməsi, qalxması. Yalnız bunlar, biz yalnız, bax bizim hərəkatımız Türk xalqının saadəti üçündür. Bu mənası deyil ki, başqa xalqların saadəti. Bizim necə başqa xalqlar, məsələn, kürdlər özlərinə çalışırlar, farslar öz toplumunun gəlişməsinə çalışırlar və ya bəlusunlar, biz də normal olaraq bizim millətimizin əzilməsi, bir istimara məruz qalması, ayrı seçkiliyə məruz qalmasına qarşı mücadilə edək, bərabər haqq qazanmaq üçün. Bu qədər. Yəni biz bir kəslə yəni bizim əsas işimiz budur. İş birliyinə girməmiz, onlarla müzakirə eləməmiz, seminar aparmamız, yəni hamısı demokratik haqları qazanmaqdan ötürüdür. Məsələ budur ki, biz baxırıq, görürük ki, mesela yalnız bizim xalqımızın gücü tək, yəni bu hərəkatın gücü yetərli deyil İran rejiminin meydana aparmağa. Gedəcək nə? Onlar ki, bizlə yaxındılar onların iş birliyinə. Yəni o gücü əldə etmək üçün. Məsələn, qeyri-fars xalqların gücləri ilə şəraitimizin uyğun olması, bir bərabər durumda olmamız çox rahat bir-birimizə yaxınlaşırıq. Mərkəzdə olan demokrat güclərlə ki, bizim haqlarımızı rəsmi tutanlar onlarla yaxınlaşırıq. Bir etilaf da var, dedim sizə. Etilaf, federalistlərin etilafı. Orada ki, yəni o lazımi güc əldə olsun ki, İran rejimi yıxılanda eləyə bilsin, siyasi manovr verib və bu haqları əldə tutmağa bir iş görə bilsin. Yəni, dəxli var. Bir də bu fikir, bu zehniyyət ki, məsələn, bir İranı saxlamaqdan ötürür, onu saxlamaq,
bir Türk insanına ki bu İrandan daima həqarət, onu ayrı seçilir, onu təhqir etmə gəlibdir. Bu zehniyyət necə ola bilər? Necə ola bilər onda? Yəni bu zehniyyət məncə bizim istiqlalçılığımızda güya var ki, federalistlərə qarşı bunu bu bir zehniyyəti təbliğ ab. Mən bilə bəlkə də bilməyə. Amma bizi yəni federalizmi aşağılamaqdan ötürü bizə İrancı tanıtdırmaq, İranı qorumaq istəyirlər. Vay İranı, bunlar kuruşçudurlar, nə mənə. Yəni bizi xərablasınlar, amma yəni bir yerə varmazlar. Yəqinim var. Bizim de bir tariximiz var. Federal sistemdə İranı bütün saxlamanın hangi faydaları var? İranın bütün saxlamağının bir kəsə bir amac deyildir ki, biz onun faydasından və ya qeyri faydasından danışaq. Yəni kimsə bunu yəni bu təlaşın içində deyil ki, İranın bütövlüyünü saxlasın, ki, görək onun saxlamanın faydası var, ya zərər. Kimsə belə bir, yəni bizim partiyadan soruşsan belə bir amacı yoxdur. Biz baxırıq, görürük siyasi şəraiti, kültürel şəraiti, iqtisadi durumu və iç siyasəti, dış siyasəti, iç hüququ, dış hüququ, arazı bir yerə yetişəndən sonra görürük ki, biz haqlarımız, bu xalqın, Türk xalqının düzgün bir haqq əldə etməsinin həm nə imkanlar var? O imkanlar çərçivəsində seçməliyik. Məsələn, deyək ki, indi federalizm və istiqlal məsələ seçimi vardır. Biz bilirik ki, federalizm əlverişlidir deyə xalqımıza haqq qazanmaqda çalışırıq. Həm İranı qorumaq, nə faydası var, nə faydası var. Bunlar əslən söz konusu deyil. Ondan xaric bir sorudur. Tamam. Hangi səbəblər və çıxarlara görə İranı federal sistem ilə qorumaq və saxlamağa dediniz ki, ehtiyacı yoxdur? Yine çalışır, yani suallar yani siz yok. Suallar çalışır ki bizi İran'ı korumak, bizi korumağa ittiham eləsin. Yani sual səmimice olsaydı derdi ki, nedir, federalizmi ne hedefler için istəyirsin məsələn, ama İran'ı korumak. Yani bizim söz şeyimiz değil, amacımız tamam. Değil yani. Tamam, elə özünüz de sualı soruşdunuz, ona cevap verin. Neydi sual? Siz özünüz soruşdunuz. Yani sözün gəlişi dedim bir şey daha. Hangi hədəflər üçün federalizmi istəyirsiniz? İran'da bakın bir daha bir mesele vardı. İran'da eğer biz eşit ve beraber hakkı temin ediyorsak halklara, yani halklara da beraber hakkı temin eder. Ve bizim o dil siyasetimizde İran'ın mesela diyeyim de dil siyasetinde merkezi devletin en azı bu iki dil yani Türk ve Fars dilinin merkezi devletin resmi olması dil siyasetinde değişilmez. Ve o program ki danıştık da beraber bir siyaset emal olsa bence adalet yerini tapıbdır. Beraber hak tapırsak, beraber hukuk karşısında beraber olursak, öz halkımızı yönetme hakkımız olursa, yani böyle bir hakkı tapabilirsek beraberlik var da burada birbirine zulmelemenin manası olmaz yani o manada. Ona göre eğerse beraberlik olursa bir federal sistemde problem nedir yani? Ne yani? Onlar yalnız budur var. Bir toplumun adı ile Fars mesela milliyetçiliğin adıyla başka milletlere iktidar ve esaret meselesi olarak esaret ləğv olursa da tam anlamıyla esareti ləğv edebilirsen de sen insan kimi, halk kimi, millet kimi resmiyet tanrısı öz bölgeni özün özü idare etme hakkı tapırsansa çok büyük bir gelişme. Çok büyük. Ne istiyoruz? Özümüzü idare etmek çalışırıq da. İndi sabahlar deyək, baxın şeye nədir bu? Bura, Avrupa Birliği'ne. Ölkələr idilər, meydan siyasette dünyada söz sahibi olsunlar. Bir araya geldi, Avrupa Birliği'ni düzəldiler. 300 milyon, 360 milyon insan bir araya gelir. Bir böyle oluruz. Dünyanın sülhü, dünyanın ekonomisi, dünyanın demokrasisi, dünyanın siyasetinin dolanışında söz sahibidir. Yani bu özü çok mühim mesele. Yani biz İran meselesinde İran demokratize olsa, Türkiye demokratize olsa, Irak demokratize olsa, kim olsa bu ölçeler ister istemez yani bunlar hamısı enerji kaynakları mərkəzli bölge, Orta Doğu bölgeler. Orta Doğu bölgeler bir araya gelip bir İttihatiyyə Avrupa kimi bir araya gelse biz ne diyeceğiz? Yok diyeceğiz ona. Yani bunlar bir şeylerdiler ki sen yalnız öz milletin ya özlün yani öz halkının menafeine düşünen siyaset kurmalısın. Bu kadar. Federal İranı kuranda ve İranı koruyanda tamam o koruyandan biraz adaletli olun da suallarda. Amaçlar
millətlərin iradələrin yürütmək, istəklərin işləmək, milli yaşamlarına yol vermək, özlərinə layiq gördükləri tərifləri və haqları yaşamaq mıdır? Yani biraz onu xırdalayabilirsin bu sualı. Yani federalı buna göre kurursuz xülasə desəm ki, millətlər öz iradələrini emal eləsinlər, öz istəklərini işə gətirsinlər, özlərini yaşasınlar, özləri kimi, istədikləri kimi. Əlbəttə ki, olurdu. Yəni, bir adilane və bərabər haqlərlə bir ölkədə neçə millət var da, deyək. Ya hətta azınlıqlar var, fərq eləməz, elə azınlıqlar da bərabər eşit bir hüquq çərçivəsində yaşasınlar, onu ölçüdür, əlbəttə. Bu sualı önceden soruşmuşum ama bir dəfə də soruşum görüm, nəzərinizi xülasə deyin amma, lütfən. Bəlkə nəzərim dəyişmişəm deyəsiniz yəni. Yox, dəyişməmisiniz. 3 dəfə eşitmişəm, amma xülasə istəyirəm, çünki kitabda gələndə bu cavabı xülasə yazılsın. Tamam, xülasə olur. Federal sistemin İranda qurulmasına yer və macal, istiqlal ilə müqayisədə indi nə qədər görürsünüz? Federal, məsələn deyə bir dərəcə nəzərdə, bir 10 nəzərdə alınır, 1-dən 10-a qədər deyə, bu gün, məsələn, federalizm qurulmasına 1-dən 10-a qədərin, bu günləri 1-dən 3-ə qədər imkanı var, 3,5-a qədər imkanı var. Tamam. İstiqlalın isə 0 imkanı var. Tamam, təşəkkür. Hangi güclər, baxın, belə söz verəndə təşəkkür edirəm, gedirəm. Cavab müstəqim və gözəl. Bu suala qalıb cavabı. Hangi güclər federalizm ilə müxalifdirlər? Federalist olmayan güclər federalizmlə müxalifdirlər. Federalist olmayan siyasi güclər həm istiqlalçılar, həm də mərkəzçilər müxalifdirlər. Yəni, bir daha bir manşet cümlə deyim sizə, yəni istiqlalçılarla mərkəzçilər müttəhiddirlər. Bir daha siyasətdəki federala qarşı mübarizə edirlər. Tamam. Federalizmə qarşı... Qəşəng sözlər, istiqlalın zəiflərindən biriydi o da. Tamam. Federalizm bir siyasi, uluslar arası hukuki bir milli hak mıdır? Yoksa bir idare sisteminin seçimi ve davtələbanədir? Yox, bir hukuka dəxli yoxdur federalizmin. Bir idare sistemidir, bir siyasi yönetimdir, bir siyasi sistemdir. Yani bir qabdır ki, onun əsasında bir ölkə dolanır. Yani siyasi sistemdir, hukuk değil. Hukuk yazılı onun içində. Fərqli federal hökumətlərdə fərqli qanunlar var. Bir genel baxımından birdirlər, amma otoriter federal dövlətlər, yəni antidemokratik federal dövlətlər var, bir də demokratik federal dövlətlər var. Demokratik federal dövlətlərdə həqlər bərqərar, antidemokratik, məsələn Rusiya və Çin də federaldılar. Amma bunlarda antidemokratik bir sistemi siyasi var, ona görə eşitlik təmin olunur orada. Amma Kanada gəldiyində, məsələn, Belçikə gəldiyində, Almana gəldiyində, amma Alman deyəndə və Suisə gəldiyində buralarda tamamen demokratik bir sistem qurulmuş durumundadır. Gözəl. Amma o ölkələrdə yox. Federalizmə yer olmazsa, imkan olmazsa yəni, yoxsa federalizm mümkün olmazsa, yəni bir şərait gəldi ki, federalizm mümkün olmadı. İstiqlala necə baxırsınız? Mən bunu tikrarən deyirəm ki, yəni federalizmə imkan olur, yəni əldə edə bilməsəksə, yəni əldə etməyə imkanımız olmursa, yəni bu o deməkdir ki, bizim lazımi siyasi gücümüz federalizm çərçivəsində yoxdur da, yəni. Əgərsə federalizm 2 çox geniş vasitədə güclərlə əldə olacaq, başqa xalqlar onun yanında duracaq. Azərbaycandan çıxdı, Azərbaycandan ötərdə yaşayan türklər onun yanında duracaq, Fars demokratları onun yanında duracaq. Bu güclərin bir yerdə olması ilə federalizmi əldə edə bilməsəksə, istiqlal ki, fəqət Azərbaycanda xeyri-fars xalqların olmadığı bir yerdə, türklərin başqa bölümləri olmadığı yerdə, hətta onlar müxalif olacaqlar. Dedim, ona tozih verəcəm. Başqa türklər müxalif olacaqlar istiqlalından hətta, çünki onlar daha çox əziləcəklər. Ona görə
çox qısıtlı bir gücü olur, əmələn yəni qeyri-mümkün olur istiqlal mövzusu. Tamam. Ərz edeyim xidmətinizə ki, istiqlalçılara necə yanaşırsınız? İstiqlalçılara çox demokratik yanaşırıq. Onların istiqlalçı olması düşüncə baxımından dünya insan haqları bəyannaməsinə mərbut olan bir şeydir ki, bizim inancımızdır, dərin inancımızdır, azlıq fikir azadlığı. Onların haqları var, hər necə düşünürlər, düşünsünlər, istiqlalçı olsunlar və fikirlərini aparsınlar. Bizim əgər tənqidi yanaşmamız var və ya düzgün bilmirsə, onlara demokratik tənqidçiliyi öz haqqımız bilirik. Amma onların istiqlalçı olmaları olan haqqı bilirik, Azərbaycanın siyasi həyatında olan varlığını qəbul edirik normal olaraq və bu işi davam etdirir. Və elə buna görə də onlardan dərin anlayışı bərabər bu yükü, milli mücadilə yükünü bərabər daşımaqda onlardan çox geniş anlayış tələb edirik. Və buna xəsmanə istiqlalçılarla keçici mərhələdə birləşməyi düşünürsünüz. Yəni birləşmək nəinki ha? İdğam yox. Amma bəzi amaclar üçün əməkdaşlıq, mərkəzi şura kimi bir düşüncəz var mıdır? Məsələn, liderlik şurası məsələn. Belə bir Çox gözəl bir sualdır. Çox gözəl bir sualdır. Mənim bu sözümdə dedim ki, mən istiqlalçı qruplardan və istiqlalçı insanlarımızdan federal düşüncəsinə qarşı geniş anlayış gözləyirəm. Əgər bu geniş anlayış olursa, bizim aramızda işbirliyi çox məqdur, mümkün və gərəklidir hətta. Gərəklidir. Bunu demək olar. Amma indiyə qədər Bəs onda belə soruşum. Əcəba, məsələn, o İran Federal Cəmiyyəti ki var ha, orada. Orada əslində belə bir düşüncə mətrəh olubdur ki, biz istiqlalçılarla bu geçici mərhələdə birləşə bilərik, bir şurayı mərkəzi, liderlik mərkəzi bir şey ki, məsələn, içəridə hərəkətlər gedir, onları eləyə bilək, bir mərkəzdən müdiriyyət eləyək. Elə bir şey düşünmüsünüz heç orada? Yox, orada o şey mətrəh deyil ki, orada bir dənə platform var, elə bir dənə siyasi etilafdır. Orada bir platform var, o platformda federalist olmaq şərtidir. Yəni, federalist olmayan qrupda girənməz. Yox, girməyi demədim. Amma, məsələn, İranda bir dəyişimlər olacaqdır. Gücdə, siz də buyurdunuz, %80, biz %80 biz bir-birinə yaxınıq. Bu %80 əməkdaşlıq eləmək. Məsələn deyirəm, amma məsələn, içəridə bir hərəkət başlandı. O hərəkəti liderlik eləmək üçün ixtilaf çıxmasın ortada, hələ bu geçici mərhələdə rejimi yıxaq, bir əməkdaşlıq düşüncəsi gəlibdir ya yox? Ortaya çıxır. O səviyyədə meydana gəlməyibdir, amma onun bir başqa yönləri vardır. Birinci dərəcədə, yəni dəqiqən bu şey ki, istəyirəm ki, istiqlalçı təşkilatlardan və fəallardan ki, federalizmə qarşı həqiqətən anlayışlı davranmaqlar lazımdır. O həman dediğiniz iş yaxınlığını, iş birliyini şərait yaradır. Biz iş birliyi əlbəttə getmişik. Məsələn, İmbirazə konferans, seminar getmişik. Çox işlər, yəni müştərək işlərdə, ana dili günündə hər kəs faaldır, bizdə faallıq, seminar qoyulub filan olub. Bu işlər olubdur. Yəni iş meydanı, iş birliyi olubdur. Amma bu zaman geçdikcə biraz istiqlalçı kəsimin tərəfindən federalistlərə anlayış məsələsi çox zəifləyibdir. Qabaqcalar şərait daha müsaididir. Amma sonra yavaş-yavaş bu təşkilatların düzəlməsi və daha çox yavaş-yavaş ara açma və hətta xəsmanə mövqeyi tutma, yəni onların anlayışın federalçılara qarşı zəifləmədə biraz ara açdı. Yoxsa birinci dərəcədə məncə Azərbaycanı qorumaqda da əgər o cür bir hadisə siyasi gəlirsə qabağa, Azərbaycanın siyasi gücü nədir? Elə vardı da. Siz indi bunlar deyək ki, yox, bu olmasın, o olsun. Bunlar düşməndir filandır, yəni Azərbaycanın gücünü zəiflətmək mənasına gəlir. Ona görə mən üçün bilirəm ki, federalistlər tərəfindən anlayış var, amma istiqlalçı tərəfindən anlayış çox zəifdir və hətta xəsmanə rəftarzat da var. Onlar anlayış göstərsələrsə Azərbaycanın siyasi gücünün birləşməsinə imkan var və hətta bəzən iş birliyi sahəsində də bir işlər görmək əlbəttə ki, məqdur və mümkündür. Fəqət indiyəcən o ki, bizim iş birliyimizi və ya bəzi müştərək işlər görməyimizi qarşılanır, o anlayışdan uzaq davranışlar, sözlər, mövqelərdir ki, istər-istəməz Əslən, onda gələk bunu soruşam. Əcəba, sizin parti istiqlalçılarla danışmağa giribmi?
Əlbəttə danışım. Çox uzun danışıqlarımız olubdur. Çox uzun saatlarca danışıqlarımız olubdur. Və bəzi işləri də görmüşük bərabər. Bir aşamada. Sonra Gözəl. bəzi nədənlərə görə yenə ara açılıbdır. Tamam, tamam. İndi bir dənə də dostlar burada bir sual mətrəh elədilər. Amma o sualı mən biraz dəyişdirəcəm. O da budur. Federallara baxanda bəzi federallar şimdi qondarma federala bənzir. Məsələn, Lobnanda federal, Əraqda federal, Əfqanistanda federal. Bunlar biraz qondarma gəlir mənə. O cümlədə məsələn Lobnanda məsələn nə bilim müsəlmanlar rəis cümhur olsun, vəzir kim olsun, rəisi məclis kim olsun. Əraqda da belə bir şeydir. Yəni Əraqda da məsələn müsəlmanlar rəis cümhur olsun, ya Kürdlər rəisi məclis olsun, ya tərsəsi. Belə bir şey var. Sizin federalda, İran federalda nədir bir sistem görürsünüz? Başkanlıq sistemi. Başkanlıq sistemi, yəni bu sistem ki, Əraqda vardır və ya Lübnanda vardır, bir müəyyən gerçəkliklərdən qaynaqlanır. Məncə hətta biraz da biraz da ədalət bərqərar olsun deyə, amma bunu sembolik formada bərqərar etməkdir. Yəni Əraqda Kürdlər 16% cəmiyyətlər, Cumhurbaşkanı Kürdlərdən olur, amma qüdrət icraisi yoxdur. Yəni formel rəis cumhurdur. Çünki orada parlamentarist sistem var, əsli qüdrət Noxud vəzirinin əlindədir. Məclis rəisini sünnilərə verirlər ki, yenə də orada bir azınlıq, yəni şiələrlə müqayisədə, yəni məclis rəisi məclisin daha çox güclü biraz güc imkanları var. Ondan sonra qalmaq yürütmə və ya qüvvə qəzanın rəisini verirlər şiələrin əlinə ki, çoxunluqdadırlar. Və də uzun, Lübnanda da uzun bir sistem var. Çox sünnəti bir sistemdir və olmamaq lazımdır. Bir demokratik ölkədə vətəndaşlıq hüququ ilə və ləyaqət və ya yetənəcə dayanaraq işlər görülməlidir və xalq yetkin insanları seçməlidir. Yəni birinin dini belədir, dini elədir, onunla ötür siyasət seçmək düzgün bir müasir demokratik sistemlə uyğun deyildir. Ona görə biz İranda əsla elə bir şərait də yoxdur İranda. İranda dini cəhətdən şiələr çox geniş vasitə. Məsələn, %80, bəlkə %75 İranda məsələn şiələrdirlər, %20 məsələn sünnilərdirlər, ondan sonra 5% də o birisi fərqli dinlər filan. Elə bir durum da yoxdur ki, o cür bir bölüm məsələsi olsun. Bölümü də mən demokratik görmürəm, müasir görmürəm. Ona görə heç İranda elə bir fikir də heç kəsin tərəfindən meydana gəlməyibdir ki, güc bölünməsində filan dini sahibi olsun. Belə bir siyasət heç kəsin tərəfindən, nə mərkəz tərəfindən, nə çevrə tərəfindən gəlməyib və biz də onun tərəfdarı deyilik əsla. Biz demokratik bir siyasətin tərəfdarıyıq. Məmləkətin yetənəkli insanların seçilməsi ilə ölkənin irəliləməsinin tərəfdarıyıq. Cənab Şamili, üstündə bu federal bəhsi mən qutardım burada. Əgər sizin bir şey vardı ki, mən deməmişəm, amma sizin zehninizdə var ki, bunu buyurasınız, onu buyurun. Yoxdursa, mən o birisi bölümə geçim. Vallahi mən heç də deyəməyəcəm. Bu sual elə bir sualdır ki, indi mən saat neçədir indi? Saat 7, 3 saat biz danışırıq, 2 saat yarımdan çoxdur. Ondan sonra sizə bir bu cür sual verirsiniz, yəni mənim beynim gedib hardan bir şey tapacaq, gətirəcək. Yox, tamam. Yəni mənim nəzərimə tamam soruları soruşdum. Məncə, nə mənə mövzumuz nədir indi? Baxın, indi onu deyək. Baxın, mən 10 yarımdan çox qala bilməyəcəm bu gün. Saat neçədir indi? İndi 15 dəqiqəmiz qalır. Tamam. Bir vətən mövzusu var. Bunu danışmışdıq. Amma burada biraz çox belə uzun danışacaqdıq. Bu da qalsın. Vətəndaşlıq haqqına keçək və haqqa gedək. Haqq məsələsi. Məncə haqqı danışaq, vətəndaşlıq onun içində gələr hərdən. Əlbəttə sonra siz bunları cavab göndərəcəksiniz. Yəni bunları umaram video ilə göndərəcəksiniz. Biraz haqqın elə, yəni biraz qısıtlı 15 dəqiqə danışacaq. Haqqı danışaq, o bizlər qalsın. Yəni yavaş-yavaş danışaq. Bunu mən dünənləri Salih bəy Yıldırım cənablarına səs qoydum, danışdıq hətta telefonla. Yox, cənabıza da indidən deyim. Bir dənə müşkülə rast gəldik. Salih bəy səsilə göndəribdi. Tamam cavablar için suallar səsilə göndəribdi.
yayılırdı. İndi televizyondan bu yayılacaqdı. Biraz gözəl görsənmir. Video ilə gəlsə, biz bunu yaptık. Sizdən xahiş edəcəyəm ki, qalan suallar ki, %85-90 qaldı qalanları, onları video ilə göndərəsiz ki, mən onları eləyə biləm rahat televizyondan daha gözəl görsənər də, yəni ona görə. Tamam. Arz edeyim. Aslında onda bəs 1-2 dənə sual danışırıq, yəni yekunlaşdıraq da. Mən çalışıram haqqı danışaq. Haqqı danışaq sonra gedir. Yəni 15 dəqiqə eləyində, çünki mən biraz sıxıntı aldım. Vaxtımı aldın da lütfen. Arz edeyim haqq. Haqq qavramından sizin düşüncəniz və tərifiniz nədir? Haqq. Haqq. Haqq dediyində əlbəttə fəlsəfi bəhs də biraz o haqq məsələsi, amma hər halda haqq iki sahədə bir toplumda, bir hüquq sahəsində, bir də əxlaq sahəsində toplumda bir insanın və ya bir toplumun ədalət bərqərar olmaq üçün dayanılan tərəzidir. Yəni, bir tərif elədim də. Yəni, yəni, haqq toplumda ədalətpərvər sistemin qurulması üçün haqq bir hüquqa dayanmaqla, bir də əxlaqa dayanmaqla toplumun ədalətli qurulması üçün lazımi bir faktordur. Tamam. Tərifiniz budur. Əgər siz başa düşdünüz, hər kəs başa düşdü. Yox, mən başa düşdüm nədir, amma mənim tərifinə müşkülüm var, ona görə bəhs alma eləməyəcəm. Haqqın mənşəyi və kökü nələr? Yəni, cənabınız indi dediniz ki, qanun, əxlaq və toplum. Bu üç dənənin kök dediniz əslində. Amma indi mən təzəşdən soruşuram. Qanun və əxlaq dedim. Tamam. İndi, yəni kökü nədir? Haqqın kökü. Haqqın kökünü qeydəndə olacaq ki, biraz bəzi filosoflar, fəlsəfə sözüdür bu haqda. Çünki necə fəlsəfələr tərif ediblər, məsələn, deyək ki, John Locke bir filosofdur məsələn. O haqqın tərifində bir şey var. Yəni, haqq nədir bir şeydir? Bir doğal, yəni haqq bir doğal varlıq, eyni halda sosial, ictimai anlaşmaların əsasında əldə olan bir şeydir. Yəni, həm sənin içində bir haqq duyğusu vardır deyə, yəni sadəcə isə, həm də sosial, yəni ictimai anlaşmalarda ya sözləşmələr əsasında əldə olan bir faktordur. Yəni, ədalət qurmaq üçün. Tamam. Yəni, məsələ, başqa bir filosof da vardı. Bəlkə onun çox adlı şeylər var bunun haqqında. Bir başqasında desəm, doğal haqq olaraq bir başqa nəzərdə var. Haqq doğal olaraq, yəni içdən gələn, doğal olaraq və bir devlətin vasitəsilə emal olan bir faktordur. Yəni, qanun olmaq lazımdır ki, haqq bərqərar olsun deyə. Sizin özünüzün fəlsəfəzdə nədir? İndi mənim açımdan insanın ədalətə, insanın içində ədaləti bərqərar etməyə bir tərəzi var. Onun adı vicdandır. İnsan içində, yəni yapısında var insanın vicdan. İnsanın içində olan ədalət tərəzisinə baxaraq haqqı təyin etmə bir mühüm faktordur. Qanundan qabaq, hüquqdan qabaq, yəni vicdana dayanaraq haqqı təyin etmə. Əlbəttə, o bizim hizbimizdə zatda yoxdur bu şeylər. Mən burada danışıram. Hizbidə haqqı filan bu şeylər bizim bəyəmnamədə bu şeylər tərif olunmayıb. Yəni, özüm burada danışıram. Ona görə insan vicdanı ədalət tərazisidir. Ədalətin mənası haqq, yəni o bərabər haqq. Məni salırsınız girə da, indi vicdan nədir?
Vicdan o hiss edir ki, bir eylemdən işte səni görüb, hiss edib ya əməldə o sənin zehninə, hissinə müntəqil olur və normal, yəni doğal bir reaksiya gəlir sənə. Məsələn, görürsən ki, məsələn, küçədə bir uşağı döyürlər deyə. Sənin içindən çıxan vicdani bir reaksiya, onun döyülməsinə qarşı bir hiss varsa, o vicdandır. Və o vicdan vicdanın ərəbcədə çox gözəl mənası var. Amma bizim də indi vicdan bundan ibarətdir. Toplumdan aldığımız şeylərin adı vicdandır. Toplumdan? Toplumdan hər nə ki alırıq. Məsələn, misal vursam. İran-Ərəb savaşında, İran-Ərəb savaşında biz onları öldürürdük, bizimkiler, yəni İrancılar da, onları öldürürlər, Ərəbləri. Onlara deyirlər, bedərək mi asılsın? Adam da, eyni adamdır. Bu da adamdır, o da adamdır. Hiç belgeleri yoktu. Ama ona deyirdi, bedərək mi asılsın? Sevinirdi. Bu birisine de deyirdi, şəhid şu dağılırdı, özünü öldürürdü. Vicdan... Yok, siz yani dikkat edin. Yani o memo vicdana dəxli var. Yani orada ne tür ona baxaq. Şəraitin təngilə. Siz yine biz bir dana hadiseye iki gün rəftar görsənirsiniz. Siz bir dana yine apardınız özel təngi şəraitə öldürmək dedik ki, olacaq. Bakın, özel ərz edelim ki, bir dana mövqeyiyyəti yeksan farsça desək. Bir dana mövqeyiyyət iki dana toplumda eyni reaksiyana almır. Mütefavit olur. Yani bağlıdır vicdan o toplumdaki təbliğata, o toplumdaki algılara. Ben bunu size söyleyeyim. Əlbəttə bunu devam etməyəcək çox. Yəni qəşəng dəyərli bir fəlsəfi dərsim. Amma bir daha bir söz deyim sizə. Mən dediyim ədalət tərazisi vicdandır insan içində. Yəni otomatikman insanın içində bərqərar olan ədalət vicdandan qaynaqlanır. Və onu siz tərəfi müqabil olmayacaqsınız. Savaşdan mənlə biri savaşıram, mənim vicdanım nədir? Sən eşikdən bir tamaşaçı kimin bir hadiseyle yönəlirsən. Sen müdaxil değilsin orada. Sen yalnız baxırsan ora hadiseye. O hadisede ədalətli və ədalətsiz vəziyyətə, mesela deyək ki, bir uşaq görürsən ki, yerir, mesela başmağı yoxdur ayağında mesela. O da yoxsulluqdadır, bilirsən də, yoxsul. Onda sənin içində bir acınacaqlıq hissi əl verir ki, bu mesela bir balaca uşaqdır. Elə zehnimə gələn misallardır. Qabasa düşünməmişəm. Onda deyirsən ki, bak bu uşağın başmağı yoxdur. Orada bir ədalətsizliyə uğrayan bir hiss sənə qarşılaşsan. Ya dedim, biri görürsən ki, uşağı məsələn döyür. Əlbəttə sənin kültüründə uşaq döyməm şey olar. Deyirsən ki, bak uşaq, yəni çox, hətta bunu heyvanlar aləmində də görmək olur. Misalımız düzgün deyil. Məsələn, görürsən ki, böyük bir məsələn bir əslan ya şer ahunun balasını qorumağa çalışır məsələn. Halbuki onun işi onu yeməkdir da. Məncür vicdan o cür bir şey. Yəni otomatikman adilanə bir ədalətə bir tərazi üçün içimizdə. O ədalət mövzusu nədir? Haqq mövzusudur. Ədalət mövzusu da haqq mövzusudur. Yəni məncə bu fəlsəfədən çıxmalıyıq. Biz getməliyik gerçək dünyaya. Fəlsəfə əhliyəm ona görə. Onu boyun ayrı yerdə dalacağız. Çünki burada yəni biraz şeye getməliyik. Gerçək dünyaya. Haqqı kim tərif edir? Haqqı kim tərif eləyibdir deyə mən dedim. O cür yox, filsufları demirəm. Haqqı toplumda kim tərif edir ki, sən haqlısın, haqsızsın? Haqq toplumda iki açıdan, iki mənzərdən haqqı görmək olar. Bir hüquq mənzərindən görmək olar, bir kültür mənzərindən görmək olar. Yəni kültür mənzərində sənə o kültürün sənə verdiyi yaxşı pis. Kültür nə deyir? Bu yaxşıdır, bu pisdir da. Sənə verdiyi o kültür, məsələn Əfqanistanda yaxşı pisə ayrı bir şey görürsən, məsələn Fransada yaxşı pisi başqa şey görürsən. Bu kültür baxış açısıdır. O, yəni bir toplum geriyə qalmış olsa, onun kültür və yaxşı pisi, yəni haqq və nəqsizi necə görürsə biraz fərqli görür, amma demokratik və ya gəlişmiş bir toplumda əgərsə kültür meyar olursa, amma əsasda bu kültürü meyar tutmamaq lazımdır. Çünki kültür daima dəyişmə halındadır. Kültürdə sabitlik yoxdur. Amma hüquq məsələsi var. Hüquqdur ki,
haqqı sənə təyin edir, eləmir. Haqq yəni nə demək? Haqq yəni hüquq da, hüquqdan danışır. Və bugünkü dünya, müasir dünyada danışdığımızda, mesela əsas sənəd hüquq üçün bir anayasadır. Sonra ona anayasaya dayanan, yazılan kurallar, kanunlar filanlardır. Əsas hüquq budur. Ədalət odur ki, yəni o haqqın yerinə gəlmə o mənadadır ki, bugün o yazılan hüquq odur ki, varsa yəni gerçəkləşsin, emal olsun. İndi soru. Bir hak var. Məsələn, Amerika çok rahatca gedir Irak'ı bombaran edir, Afganistan'ı bombaran edir, Libya'ni bombaran edir, Suriye'ni bombaran edir, Rusya da otursun. Yani demirəm ha. Yani Fransa falan yer işgal edir, bombaran edir, o birisi. İndi burada məcalik budur ki, dünyada etiraz eləmir, ya az etiraz edir, ya əslən dövlətlərə etiraz eləmirlər. Məsələn deyirəm ha. Burada haqqı kim tərif edir? Nə cür tərif? Hangi daşla tərif edir? Orada haqq deyil ki, orada güc ki əməl eləyir. Orada haqq məsələsi söz konusu deyildir. O, məsələn, haqq deyəndə... Haqqıdan danışa bilirik. Yəni bu şəraitdə biz haqqıdan danışa bilirik. Ya haqqı var, ya güc var. Haqqı bəlli edən... Yəni, qoy sualı belə soruşum. Haqqı güc bəlli edir, ya güc haqqı bəlli edir? Bu gözəl sual. Haqqı güc bəlli edir, ya güc haqqı bəlli edir? Aha, hangisini bəlli edir? Haqqda haqq gücü bəlli eləmək lazımdır. Əgər güc haqqı verirsə birinə, orada haqq icra olmayıbdır deməkdir. Niyə? Çünki güc vasitəsilə bir haqq əldə etmək, yəni zorakılığa vurmaq, orada bir tərəfin haqqıdır, ikinci tərəf haqq yoxdur. Halbuki haqqdan danışanda ədalətlə bərabər olmalıdır. Yəni, hər iki tərəf bərabər eşit haqqa sahib durmalıdır. Əgərsə iki partinin içində bərabər haqq yoxdursa, orada ədalət yoxdursa, haqq da yoxdur. Cavab Şamili, fərz buyurun sizin fabrikaz var, iş yeriniz var. Mən də iş axtarıram. Güc sizdədir. Burada mənim məsələn gələk 8 saat işləyəm, mən bu 8 saatla yaşayam, yaşayam. Maşınım ola, maliyyatımı verəm, evim ola, dolanmağa da gedə biləm. İndi, amma bu pulu ki siz mənə verirsiniz, məni də işlədirsiniz, məni görmür. Xanımım da işləməyə məcburdur, uşağım da işləməyə məcburdur. Məsələn deyək. İndi burada haqqı kim bəlli edir? Baxın, mən bir dəfə danışıqlarımızda qabaqca bir ədalət və bərabərlikdən danışdım. Yəni, ekonomik bərabərlik, qanun qarşısında bərabərlik. Baxın, bugünkü hüquq bunu deyir. Qanun qarşısında bərabərliğin adı ədalətdir bugün. O tərif olur. Halbuki o, yəni, həqiqi ədalət deyildir. Tərif olmuş ədalətdir. Tanınmış ədalətdir. İstəmirəm ki, o haqqı kim tərif edir? Bugün toplum onu qəbul edir, o haqqı. Yəni, məsələn, dövlət gedir, xalq gedir, rəy verir, dövlət anayasa yazır. Anayasa deyir ki, burada ekonomik bərabərlik deyil, qanun qarşısında bərabərlik haqq sayılır. Yəni, hər kəsdə məsullardan, adamlardan, dövlətdən, şirkətlərdən qanuna uymalarını tələb edir. Demir ki, sən milyardersən, bir gün işləyirsən, məsələn, 1 milyon qazanırsan, mən işləyirəm orada, məsələn, onun 100-dən birini qazanıram. Dikkat edirsiniz. Yəni, o bərabər, yəni iqtisadi, mali bərabərlik deyil. Sən deyən sözün içində məsələnin burjuvazının nəqdi var. Yəni, sərmayədarı sisteminin nəqdi var. Ki, bizim söhbətimizə yerləşir, bu gün də toplumun ənənəsi deyil. Amma bir idə kimi, mesela biz sosial demokratıq, yəni bərabərlik tərəfdarıyıq. Biz xalqların eşit tərəfdarıyıq hər ərsədə. Amma bu gün durum budur ki, biz hüquq ədaləti ilə, hüquq ədalətinə dayanaraq o bərabər, yəni iqtisadi bərabər imkanlara yaxınlaşmağa çalışırıq. Axı, hüquq daimən dəyişir da, daimən dəyişir. Diqqət eləyin ki, baxın, sərmayə
bura geçir biraz arıyorlar. Ha, sözü yaparsınız bizi. Bakın siz yaparsınız ayrı. Ben şimdi biraz orada kalmalı. Ama bunu diyeyim sonra şey diyeyim. Bakın sermaye ya içtimai olur ya hususi olur. İndi devletlerin kuruluşunda sermaye, mesela Amerika'da hususidir. Sermaye hususidir. Deniz daha Kanada'da yer yok. Yer hamısı hususi. Devletin yeri yoktur. Ama o dünyanın hamısı dövlətindir. Kanadada yerin hamısı dövlətindir. hamısı devletindir. 89% dövlətindir, yəni mələkənindir. 11% millətindir, şirkətlərindir. Ha, o cür dediniz. Fikirlərim onun əksi dediniz. Yəni, baxın, sermaye, məsələn, deyək ki, sermaye fərqlidir. Sermaye içtimai. Cavab, Şamil Bey, bunu deyib, biraz da şey eləyək. Calibdir. Mələkənin özü də gəlib bura savaşmayıbdır, dədəsi də. Ordu gəlib burada yerəlləri öldürüblər. Deyir ki, 89% torpaqların mələkənindir. İndi yəni Çarlzındır da, Çarlza yetişibdir. 11% kolləndi belə. İndi falan burada 40 milyon adam yaşır, onlarındır. Təəssüflə ocusudur. O zaman o qanunu yazıblar, baxın. Qanunu yazıblar, o zaman gəliblər, kəsiblər, asıblar, yazıblar. Ədalət indi hardadır? Ədalət oradadır ki, yerəlləri öldürüblər. Ədalət oradadır ki, mələkə 89% sahibdir. Ədalət oradadır ki, 40 milyon və yerəl insanlar 11% almış. Ədalət hardadır? Ədalət mən sizə dedim, kim təyin edir? Ədaləti bir anlayış və toplum tərif edir. Amma bu cür ədalətdən anlayış, mövcud ədalətdən anlayış qanun qarşısında bərabər olmaqdır. Bu cür mövcud. O ədalətdir. Amma bərabərlik deyil. Bərabərlik deyil. Bərabərlik isə mövcud sərmayalar, imkanlar, mövcud sərmayalar və imkanlar ictimai olduğunda orada bərabərlik təmin olur. Əgər sərmayalar bəxşi xüsusidə adamların əlindədir, məsələn, toplumun %10'u, toplumun %90'ının sərmayəsi əlindədir, orada bərabərlik mənası yoxdur. Sərmayə indi belə indi məsələn bir dənə sosial dövlət gəlir Avropada, bir məmləkətdə, deyir ki, bir belə varlılardan, fabrika sahiblərindən, pullardan bir belə az alacağıq, ya çox alacağıq. Bu, o dövlətlər dəyişəndə bu dəyişir də, maliyyatın şeyi. Bu, yəni, o qədər bunlar gücə bağlıdır. Yəni, gücü, bunun ədalətini... Yəni, bərabərliğin təmin olması, kolli sərmayənin ictimai olmağı ilə əlaqəlidir. Ağır sözdür bunlardan. Danışırıq bunlar. Yəni, mövzudan çıxmışıq biz. Yəni, orada da indi bir seri dövlətlər var. Bu, biraz bunlar teorik mübahisədir. Baxın, bir seri dövlətlər var. Bizim gələcəkdə partilərimiz ki, dövlət istəyəcəklər, quralar, bunların üstündə dövlət quracaqlar. Yəni, indidən əgər bunu parti düşünməsə ki, mən ədaləti nədir görürəm, nədir tərif edirəm, əcəba qudrət ədaləti təyin edir, qanun ədaləti təyin edir, nə ədalət təyin edir, bunu eləməsə, bəlli eləməsə, sabahları hökumət quranda teorik qəziyyəni həll eləməsə, əməldə qalar, bilməz neyini. Onda biz nə hangi iqtisadi siyasət aparacağıq, onu da bizə izah edim, yekunlaşdıraq. Onu öz yerində deyərsiniz daha, onu öz yerində. Yox, elə buraya yerindən danışırıq. Tamam. Yəni, izah edim. Çünki onun haqqında sual soruşacağım. Dövlətlərin ki, baxın, bir liberal düşüncənin təfəkküründə sərmayə tamamən bəxşi xüsusun əlindədir. Sosial-demokratik yəni komünist düşüncənin əsasında sərmayə hamısı dövlətin əlindədir. Sosial-demokratik düşüncənin sahəsində sərmayanın bir bölümü bəxşi xüsusi, bir bölümü bəxşi dövləti, bir kəsimi təavunlar əlindədir. Yəni, bir nəfər deyil, bir neçə nəfər əlindədir. Yəni, 3 formada çalışır. Bu ədalət ki, deyirik, oradakı yalnız bəxşi xüsusun əlindədir. Orada... Yox, indi Cam Şamili, indi bu liberal dövlətlər, Amerika dövləti başda bir iş görübdür. Gəlibdir, böyük şirkətləri deyib ki, səham eləyəcəksən, səham satacaqsan. Yəni, məsələn deyirəm, Microsoft'ın
Deyək ki, 10 milyon sahamdarı var. Sahamdar bəxşi xüsusudur da. Hamısı bəxşi xüsusu. Məndən sən alır da sahamı. Kim alır? Tamam, yəni istəyirəm ərz edəyəm ki, taavunu şəklinədir. Əslində taavundan da üstündür bu. Taavunda 10 nəfər, 20 nəfərdir. Burada isə 10 milyon məsələn bunun sahamdarı var. Amma xüsusi siz bunu görürsünüz. Bu nədir olacaq? Yox. Taavuni sistemində, yəni fəaliyyət iqtisadi taavunu da fərdi deyil, bir nəfərin əlində deyil. Bəlkə bir neçə nəfər əlində sərmayə, gəldi sərmayə və üretim filan olur. Bu özü, baxın, xüsusi bəxş, özəl deyil, özəl bölüm, taavuni, sonra dövləti bölüm, ictimai sərmayə, dövlət ixtiyarında olan. Diqqət edin, bunların hamısı güclənirsə, bu bölümlərin hamısı güclənirsə, o bir tərəf zəifləyəcək də, çünki sərmayə naməhdud deyil, sərmayə məhduddur. Əgər bəxşi xüsusi çoxalırsa, güclənirsə, ədalətsiz camiədə daha çox genişlənəcək. Əgər bəxşi demokrat dövlətdən danışırıq burada, demokrat dövlətdən danışırıq, antidemokratik dövlətlərdə sərmayələrin görüşü yeşil dövlətlərində, indi məsələn, Cumhuri İslami. Amma pulu sərmayə aparıb yaptı, məsələn, Suriyədə ordu düzəldir özündən, Lübnanda ordu düzəldir, Yəməndə filan elə, Afrikada, yəni, yəni demokrat dövlətdən danışırıq ki, orada xalq, yəni seçim şeyi olsun və bir demokratik düşüncə meydanda olsun. Orada, yəni xüsusi bəxşi, taavuni və sərmayə bəxşi dövləti. Əgər, yəni, beməratib ki, bəxşi güclənir, ədalət zəifləyir. Çünki orada bir kəsim bəxşi xüsusi aparır, başqalar zəifləyirdən o bölüm. Amma bu birisi bölümlə taavuni və dövləti bölüm bizə güclənəndə onun mənfəəti kiminkidir? Toplumuncudur da. Çünki dövlət qazanan bir sərmayədən cibinə qoymuş, yəni xərcləyəcək pulcu ya da gələcək pulcu həmçinə orada hesab olsun. Yəni daha imkanat vermə xalqa güclənir. Ona görə bizimkində, bizim idəmizdə taavuni, yəni bəxşi taavuni və bəxşi dövləti, yəni dövlətin bir iqtisadi aktor olması bir tərəfdən, bir də taavuni bölümünü gücləndirmə, bu üç sektorunun, yəni bir ədalətpərvər formda taarruzu. Nə əcəb bu şeyi saham məsələsinə diqqət eləmirsiniz. Yəni, ədalət sizin o taavunu ki, tərif edirsiniz, o İran tərifidir. İran. İndi daha, yəni, baxın. İndi məsələn, amma sahama baxanda, bir dənə şirkətin təsisi üçün, məsələn, deyək ki, 10 milyon adam pul qoyubdur. Mənə baxın, bir dəqiqə, burada... Taavundan daha üstündür məncə. Baxın, indi mən burada, yəni, genel formada bir şey, yəni, burada fürsət yoxdur cüziyyata girək. Yəni, geçsək bu cüziyyat içində biraz bu bəhslər girecək, yayılacaq fərqi üçün hər bölümün özünün dünyayı söz danışmaq olur orada. Ona görə mən dedim, bizim təfəkkürümüz iqtisad sahəsindəki ədalətin kökləri də orada qazanıb biraz, yəni dayanır. Yəni, ədalət bir tərəfdən hüquq riayət eləməkdir. Bir tərəfdən iqtisadi və sahədə ədalətpərvər bölüşmənin məsələsindən də bir şey əlaqəlidir. Yəni, yalnız hüquq deyildir. Bir daha liberal dövlətdə İndi bir dənə ayrı sual soruşsam, bunu daha açıqlarsınız mənə. İranda... Baxın, yəni, indi 7-8 dəqiqə vaxtımız qalır. Tamam, sualımız çoxdur, amma qalacaqdır da. Hətta eləyə bilərdiniz məncə ki, bu bəhs açılırsa, biraz onun qabağını yığışdırmaq mümkün olmuyor. Məncə, əgər sual da varsa, tamaşaçıların ki, axirdə bir neçə 5 dəqiqə, 3 dəqiqə olan haqqında danışır, o da verimli ola bilər. Çünki biz iqtisadiyyat, baxın, biz elə bir durumdayıq ki, indi oturup cüziyyat, iqtisadiyyata filan, dünyanın iqtisadına olan danışma burada bizi biraz əsli mövzulardan kütləməkdir. Bizim əsli mövzumuz indi ədalətdir. Ədalətdə danışanda, məsələn deyirəm, misal üçün, İran çərçivəsində, bugün İranı danışırıq da, ədalət farsların ya mərkəzçilərin, sizin deyişinizlə, mərkəzçilərin, adət eləmişsiniz, deyirsiniz farslar. Mərkəzçilərin, mən fars deyirəm ona görə, mərkəzçilərin, bir dəqiqə də, icazə buyurun sualı mətrə edeyim, mərkəzçilərin, məsələn, Azərbaycanın geçən 100 ildə, tamam, türklərin, geçən 100 ildə ərəblərin, filanların, haqlarını almağı
özünə haqq bilibdi. Haqq tərif edibdi. Kim? Bunun mənşəyi Kim? mərkəzçilər də farslar. Farslar cəhdisi. Şimdi bu sizcə bu haqqı qanun, güc, iqtisad hangisi eləyir? Hangisi təsir edir? Qoy əvvəlcə bu Fars məsələsinə işarə edeyim. Gələk işarə edeyim. Yox. O əslində olar. Kirmanda bir xanım xaricdən getmişdi. Kirmanda gedib bir kəndə. Orada baxmışdı, görmüşdü o kəndin adamları yonca ilə çörək yeyir. Başqa yoxdur. Ben bura getmişdi oraya film. Videosunu görmüşəm. Ağlırdı. Videosunu görmüşəm. İndi bunlar yonca ilə çörək yeyirlər. Yəni Farslar bu sözlər yəni zərərli sözlərdir. Ona görə əlbəttə o xanım Bəlüçistana Kirmandır ora. Ora Kirmandır. Bəluç deyil, ora Kirmandır. Hətta ora uşaqların mədrəsəsinin üstündən ilan düşür və ora Loristan, Bəlüçistan deyil. Loristan, orada Loristandır. Yəni ona görə siz orada yəni yəni deməsək yaxşıdır. Düzgün istilahlar bizim öz etibarımız çoxalar. Bunu bilməyimiz lazımdır. Bizim yəni faşistlərə ən son dəqiqələrimiz. Yox, bir dəqiqə bu cümlələri deyim. Biz faşistlərə cavab vermə yerinə xalqla əlaqəyə girsək daha çox verimli qazanarıq. Çünki onlar heç vaxt adam olmayacaqlar. Amma insanlarla düzgün dildə danışırsaq onların cəzb eləməyinə imkan var. Tamam. Ərz edeyim xidmətinizə ki, indi ədalətdən danışırdıq. Burada ədalət bölümündə 20 dana soru sormuşam. 4-cüsünə yetişirik. Yəni hələ burada qaldıq ki, ədaləti, misal da vurduq İranı ki, Azərbaycanda Türkləri, İranda, ərəbləri, Bəlüçləri 100 il əziblər, fırıqlar. İndi burada ədaləti onun baxımından, yəni o hakim gücün baxımından baxanda deyir, güc əlimdədir, istədiyimi yaparam. Ədalət də budur ki, mən gücüm budur. Və bilirik ki, ədalətdə də hər insan öz mənafiyindən baxar. Yəni ədalətə hər kəsin özünü adil bilər. Hətta biri oğru da belə deyər ki, mənim şəraitim budur, ona görə. Yəni özünü haqlı bilir, oğurluq edir. Bu cür deyər ki, mən haqsızam ki, oğurluq edir. Heç kəs bu cür deyil. Yəni o cür bir oğru tapanmazsınız ki, özünü haqlı bilmir. Məsələn, mən Torontoda bir dənə oğru tanıram. Oğru. Torontoda. O deyir ki, mən şərqidən gəlmişəm, bizim 100 ildir nəftimizi bunlar qarət edirlər, aparırlar, bu mənim haqqımda oğurlayan burada. Sizcə o düzdür? Mən düzlükdə, qələtlikdə danışmıram. Əslən, məndə düz qələt məfhumu yoxdur. Gedir bir başmaqçı dükkanı, oradan bir başmaq olur, o pulu nəfti başmaqçı alır. İşim yox ondan. O adam beləsi. İstədim sizə nə ərz edəm. Axı bizim kommunistlər də burada gedirlər uğurluğa. Mənim intentimə təvəccüh eləmirsiniz. Mənim o qəsdi ki, istəyirəm deyəm, ona təvəccüh eləmirsiniz. Yox, biraz da bunun düzgün olub olmamasına düşünməliyik fikrin. Yox, budur. Bəzən haqqa dinən, haqq axtaranların əlin bağlırıq. Bu sənin haqqın deyil deyə. Məsələn, deyək ki, istiqlal mənim haqqımdır, amma deyirsən təcrid tələbsən. İndi biz burada haqqancısıdır. O 100 ildir bizi vurubdur, əzibdir, döyübdür, öldürübdür, istimar eləyibdir, işğal eləyibdir, hər nə desəz başımıza gətiribdir. Amma onun gözündən haqqıdır, mənim gözümdən nə haqqıdır. İndi o hüquq deyil ki, o siz danışırsınız. Hüquq da, orada hüququ var da. Bilirəm, siz adamlar gücü olduğu üçün haqqı tərif eləyibdir. Mənim də boynuma qoyubdur, işlədirdi də, zindana da verir, edam da edir. Həman hüququn əsasında. Bəlüç bədbəxt, ərəb bədbəxt, türk bədbəxt, kürd bədbəxt da ki, özün haqlı bilir, zoru yoxdur, gedir, edam olur. Bilirəm, yəni indi İran İslam Cumhuriyyətinin anayasası qanunlarını kim demokratik qanun bilir ki, onu həqli bilirsən filan eləsin. Demokratik olmamağın adı mühüm deyil ki. O şah deyib ki, adın demət sal beynimə. İndi bu da o deyil. Biz nə edik, indi yəni bu sizin bu sözlərinizin qarşısında nə reaksiya olmaq lazımdır yəni? Haqqı kim tərif edir?
Bunun sorusunu istəyirəm, axtarıram. Çalışırıq ki, haqqı həqiqətən məsələn bir müəyyən bölümün, bir müəyyən kəsim, bir müəyyən hizbi, bir müəyyən ideolojidən çıxsın, toplumsal bir anlaşmaya çevrilsin. Adilanə toplumsal bir anlaşmaya. Yəni bu günlərdə yəni bu toplumsal anlaşmanın ən mühüm sənədi yəni anayasadır. Yəni ən mühüm sənəd toplumsal ədalətin bərqərarlığında demokratik ölkələrdə yazılan çünki toplumsal da demokratik səviyyə formda yapılıb. O anayasa bugün o ədalətin bərqərarlığına, o haqqın bərqərarlığına o sənəddir. Yəni, anayasa hər 50 ildə değişə bilər. Hər 10 dəyişməyə ildə lazımdır da. Tamam. Onda bəs axı bu haqqı olmadı ki. Baxın, qoy bir dənə ayrı misal durum. İranda dünənəcən hər kəs məvadlı müxəddir əlində tutsaydılar, edam edirdilər. İndi deyirlər ki, dəyişdiği zaman biraz, indi deyirlər ki, yox. Məsələn, əlində tuturqacaq özü məsrəf edir, mərvis hesab olur, bunu edam eləməyək. Bu Kanadada da olubdu ha. Kanadada da hər kəs siqar gətirsəydi, məşrub gətirsəydi, tuturdular, salırdılar uzun zindana. Sonra dedilər, bu ədalət deyil, gəlin ədalətdə bir ayrı məna verək. Hə, nə məna verək? Burada da budur. Hər kəs maliyyatını versə, eləyə bilər bu işi, görsün. Bəli, əlbəttə ədalətdən anlayış zaman değişməkdadır. Yəni yaxşılaşmaqdadır məncə. Məsələn, qabaqsa bu onu istəyirəm deyəm. Baxın, mənim sualım budur. Kim tərif edir və nəyə baxaraq tərif edir ədaləti? Ədaletin, yəni ədalətə bir də siz biraz toplumsal baxın da. Bu fərqini bir o eləyib, bu eləyib deyil. Yəni toplumsal bir anlaşma söz konusudur. Yəni cəmaət oturur, nümayəndələr oturur məclisdə bir anayasa yazır. Nümayəndələr, xalqda demokratik bir seçim və toplumsal bir anlaşmanı meydana gətirir. O ədalətin Cumhuriyet İslaminin qanunu əsası yazılanda nümayəndələr oturublar, çox demokratik bir, biz onu demokratik bilmişik da əlbəttə ki, rəy vermişik da, yəni siz rəy vermişsiniz. Cavab Şamili, mən rəy verməmişəm, amma siz vermişsiniz. Mən rəy verməmişim Cumhuriyet İslami əsla. Tamam, onlar rəy veriblər, demokratik bir seçimdə 98% rəy veriblər. Orada gəlib deyibdi ki, sizin haqqınız yoxdur. Və onunla da bizimlə rəftar edib. Burada kim bu, bizim haqqımız üçün qanun deyir də haqqımız yoxdur? Dedim, əvvəla bu ədalət məsələsi bir dənə bir nisbi bir şeydir. Bunu bilməyimiz lazım. Yəni mütləq ədalət adında bir şey yoxdur. Çünki mütləq anlayış yoxdur insandan məsələlərə və zaman keçdikcə mövzular haqqında anlayışlar dəyişmədədir. Yəni kültür, mədəniyyət, mövzular haqqında anlayış məsələn. Bir zaman, yəni hətta bu Suedin özündə əvvəlin yəni şeylər ki, insanlar, xanım, ağay ki, qanunsuz bir-biri ilə bərabər olublar, edam olublar birinci dəfə, bir dəfə olubdur. Amma indi burada, məsələn, insanların evlənmədən bərabər yaşamaları çox normal və qanuni bir formu vardır. Yəni, baxın, anlayışdan anlayışa və haqdan haqqa. O zaman toplumsal anlayış zəminəsi o cürsü idi və zaman keçdikcə, yəni bu qaçınılmazdır. Bu qaçınılmazdır. Biz tarixi bir... Yəni, ədalət səyyal bir məsələdir və mənası yoxdur. Əslində budur ki, ədalətin mənası yoxdur. Yox, onu demək yanlış olar. Çünki ədalət olmayacaq, yəni ədalət olmayacaq, yəni qanun olmasın, hüquq olmasın. Qanun var, amma qanun ki, sabah dəyişəcəkdir, bunun tərsi olacaqdır. Yəni ki, bu yunları bir iddənin mənafiini qorur, o birisi iddənin qarşısında. Məsələn, o xanım ki, orada rəsmi evlənmədən edam oldular. Onlar özlərini haqlı bilirdilər bu vəziyyətdə yaşamağa. Amma bir iddə ki, özləri də əksəriyyət deyirlər, qanun yaşamını qoymuşlar ki, biz sizə edam eləyəcəyik. Çünki bizim istəyimizin tərsidir. Düzdür. Yəni, baxın, siz buna biraz reaksiyavi baxırsınız. Tamam, bu gerçəklər vardır. Məsələn, indi dünyayı qərbidə də, demokratik ölkələrdə də, yəni, deyə bilərsiniz ki, bir kərə deyər ki, bu dövlətlərin quruluşu, bu qanun əsası sərmayə sahiblərini qorumaq üçündür. Yəni, sollar, ifrati sollar bunu deyirlər. Yəni, komünist baxış açısından. Yəni, onda bu da var. Yəni, o da gerçəkdir. O da bir gerçəklikdir. O bir üzrə nəyə göstərir? Yəni,
Düzdür, o məsələn analiz, sosiolojist analizlər içində bu gəlməyə lazımdır, baxmaq lazımdır nə olur filan. Amma hər halda bugünkü durumda, məsələn deyəsən, bugünkü anayasa deyək bir ölkəni nəzərdə tut və onda 50 il bundan qabaq, 100 il bundan qabaq anayasasını nəzərdə tut ki, yerdən gözlə fərqlənib da. Məsələn deyək, İkinci Dünya Savaşından sonra insan haqları bəyannaməsi ortaya çıxıb, yəni dünya səviyyəsində insan dəyərləri. Bu ondan qabaq yoxdur ki, indi o dəyərlər gəlib anayasaya giribdir və anayasa o haqlar insanlara emal olur. Yəni böyük bir ilerleme söz konusudur orada. Hani insan haqlarının anayasalara girməsi. Siz bunu gözdən ata bilməzsiniz ki, yəni ilerleməni daima görməkdəsiniz, bunu görünür və orada da bir müəyyən haqlar qorunmaqdadır. Əgər nisbi baxırsınız, orada müsbət şeylər görərsiniz. Yoxsa istəsəz yalnız mənfi şeyləri qabardasınız, deyəsiniz və deyəsiniz orada bir şey yoxdur, o biraz düzgün çıxmaz. Məsələn, sizin bu günləri əmniyyət məsələsi, hakimiyyət və qanun və hüququn əmniyyət məsələsinin təmin olması bu vardır. Yəni, məsələn, deyək ki, hətta diktator ölkələrdə də, diktator da, faşist filan da, məsələn deyək, İranda hər halda bir əmniyyət məsələsi, insanlar evinə gedəndə bu ülkəbinə saldırmayacaqlar. Məsələn, genəldə nə ki bu hadisələr, dünyanın hər yerdə hadisə düşür, cinayət olur filan, amma genəldə insan rahat gedir, yəni əmniyyət məsələsi təmindir. Yəni, bir hakimiyyətin əsli məsələlərini bir əmniyyət təmin eləmə məsələsi, sonra da iqtisadi, ictimai məsələlər. Yəni, bu sahədə çox böyük irəliləmələr meydanda var. Dünyada, məsələn, dünya dəyərləri çıxır, insan haqları konvansiyonu çıxıbdır. Yəni, İkinci Dünya Savaşına qabaq elə bir şey yoxdur, hüquq, insan, yəni uşaq hüququndan qoruma. Amma indi meydandadır hər zat və məsələn, modern dövlət qurumunda o konvansiyonu qəbul etməlidir və uşaqların haqqları o cür qorunmalıdır və bu vasitələ daima gün getdikcə bu ədalətin qanatları daha toplumda və ya dünyada açılmaqdadır deyə düşünmək lazımdır. Bunu da son sualın cevabı kimi nəzərdəyək və xudahafizləşməyə şərait yaradılır. Təşəkkür edirəm, cənab Şamili. Mən indi əlan cənabınızla danışa baxırdım, cənabınızın bu 24 saatda ki, 24 saatdan az istifadə elədiniz. Hududən 12-13 saat istifadə eləmişsiniz. Qalanı boş gedibdir. Yəni, istifadə eləməmişsiniz. Bu müddətdə 10 bölümə az cavab vermədiniz. Yəni, 10 bölümə ki, o birisi, birinci parti, Güney Azərbaycan İstiqlal Partisi, Salih bəy İldırım cənabları yetişmişlər, cavab vermişlər. Siz onlara yetişmədiniz. Və çox önəmli bəhslər. Mən fəqət başlıqların deyim bunların. Niyə yetişmədik? Onu da deyə bilərsən. Az gəlmişik. Yəni, saatı az qoymuşsunuz, az fürsət qoymuşsunuz. Ondan saatları deyil. Yox, ondan dolayı deyil. Toplumda 1 saat yarım, 2 saat olmuşuq da. Ondan çox, o halda ki, Salih bəy 4 saat saxlırdı. Yox, 3 saat yarımdır. Tamam 2 saat da yarım varımızdır. Tamam, 3 saat yarımımız da vardı. 2 saat yarım. Çoxu 2 saat. O 1 saat yarım siyasət olub, o 2 saat yarımdır. Çoxu 2 saatdır, 2 saat yarımdır. Tamam. Yəni, əlbəttə, Salih bəylə məni qiyas eləməyin. Ona görə Salih bəy gəncdir. O gəncdir. Mən biraz yaşlıyam. Hər halda, indi hangi bölümləri danışmadıq ki, məncə çox önəmli idi danışaq, amma lağəl burada, yəni bu mərhələdə ki... Sizi gözləyəcəm, sizin işlərinizi görür, o birisi partilarla. O birisi bəhslərdə elə... Mən onu deyəcəm, indi onu deyəcəm xidmətçə. Vətən, məsələn, indi vətəni geniş təriflirdik, burada geniş sorular, onlara cavab vermədik. Vətəndaşlıq haqqın danışmadıq. Haqq özü 20 sualdan 3-ünə cavab verdik, yarımçılıq. Ədalət məsələsinə əslən girmədik, əxlaq məsələsinə əsla girmədik, hakimiyyət və demokrasi girmədik, azadlıq nədir? Əslən bəhs eləmədik, burada da bir 20 sualdan çoxdur. Dövlət özü nədir? Əslən dövlət dediyimiz nədir? O məsələdə də 25 sual zat vardı. Anayasa və hüquq, bunu əslən danışmadıq. Sürgündə dövlət ki, bunları şeylə danışmışdıq, Salih bəy İldırım cənabları ilə biraz danışmışdıq, biraz qalmışdıq. Buradan qalanlardan Salih bəy cavab verir. Siz bunları cavab verə bilmək, yəni yetişmədik. Vaxt az qoyduğunuz üçün eləyə bilmədik ki, amma çox təşəkkür edirəm. Çox sağ olun. Çox var olun ki, 6 cələsə vaxt qoydunuz, gözəl vaxtınızı. Əlbəttə bilirəm, bilirsiniz ki,
böyük bir iş başlamışıq. Böyük bir iş görünür. Burada görürsünüz, ciddi bəhslər ortaya çıxır. Ciddi düşünmələrimiz lazımdır bunları. Cənabınız Azərbaycan Demokrat Partisi Mərkəzi Şura müşaviri olaraq təşrif gətirdiniz. Mənim saygısızlıqlarıma dözdünüz. Əgər bəhsə girdim, əgər challenge elədim, əgər öz düşüncələrimi çox dedim, üzrümü qəbul edin. Çalışırdım ki, özüm birinci mərhələdə mən düşünüm. Çünki mən düşünsəm fikir edirəm ki, qulaq asanlarımız ya sonra kitab oxuyanlarımız daha rahat düşünərlər, daha kolay düşünərlər. Onun üçün challenge-lərə məcbur oldum, çox üzr istəyirəm. Eyni halda fikir edirəm ki, biraz da cəlib oldu. Yəni, bəzi qismətlər açıq qalırdı, onlara da açıq gətirmək oldu. Cənabınız bu günləri də milli ərdəmlik nişanını məndən aldınız. 6 günün, mən hər gün burada yazıram, ona görə indi də yazdım, milli ərdəmlik rütbəsini aldınız. 6 günün 5 günündə milli ərdəmlik, bir günün ən ərdəmli rütbəsini almışsınız. Salih bəy İldırım cənabları ilə müstəqim getmişsiniz, bərabər buracan. Salih bəyin işini umarım siz də görəsiniz. İndidən çalışın 2 həftə, 3 həftə içində bu qalan sorularımıza ki, istəsəz mən sizə göndərirəm ki, haralar qalıbdır, ya da göndərim ki, haralara cavab vermişsiniz, ya da özünüz bir iş görə bilərsiniz. Eləyə bilərsiniz ki, əvvəldən bir də baxasınız, yap əvvəldən. Qazaşdan bunlara cavab lazım olsa istəyəsiniz verəsiniz, daha profesional, daha görmüsünüz, mən nələr istəyirəm, ya siz nələr istəyirsiniz, ya sorular nələrdir. Eləyə bilərsiniz ki, baxansınız bunlara, video ilə cavab göndərsəz, mən çox-çox təşəkkür edərəm. Səslə göndərsəz, mən öz təsvirinizdən, öz filminizdən istifadə edəcəyəm, onu qoyacağım Qazaşdan, montaj edəcəyəm, səssiz olmasın, bu taza səsləriniz olsun. Xahiş edəcəyəm, amma cavab, tamam sorulara, 500 soruya cavab verin, lütfən. Çalışaram da, çalışaram ki, əvvəla mən də səndən çox təşəkkür edirəm, çox zəhmətlə yəni, bu işi aparırsınız, həqiqətən də durum ocusudur, vaxt qoyursunuz, sizdən təşəkkür edirəm. Mübahisəmiz itfaqa bir daha sizə sual vermək istəyirəm, sonunda bir zehnimə gəldi ki, bu sualı da dəyərləndirə bilərsiniz bir müsabiqə kimi, necə puan verirsiniz, yəni ən ərdəmli bu şeylər. Bir də video, bu danışıqların hansısına daha çox baxılıbdır? O getdik, can görərik. Bəli, bu günləri, ortalama, bir dəqiqə, bunu deyim da, bu günləri ortalama 21-ə çıxdıq. Yox, baxın, gələcəkdə də reaksiya görəcəksiniz. İndi videolarda çünki bizimki bəhsimiz mübahisəli getdi, iki fikrin qarşı-qarşıya durması ilə getdi, həyəcanı daha çoxdur, yəni bu bəhsin. Yəni, fərq etsiz, həm fikrinizlə danışırsınız, orada biraz sakin gedir. Ehtimalən Salih bəyin videolarına baxmamışsınız. Xahiş edəcəyəm, baxın. Baxmışam, niyə? Orada da dəqiqən bu bəhsləri eləmişəm. Hətta sizlə üçün müxalifəm biraz. Qorxuram ki, dostlar məni müttəhəm eləyirlər ki, məsələn, qarşı durur. Əlbəttə, qarşı durmaq çox yaxşıdır, ha? Pis deyil. Amma Salih bəyi daha acımasız suala qoymuşam. Yəni, bunu deyə bilərəm ki... Açmışam, görmüşəm, çalışı rəftarınızı orada gördüm suallarda, bəziləri çalışı rəftar eləmişsiniz, gözəldir. Hər halda elə də olmalıdır. Yəni, necə İstiqlal Zaviyəsindən mənə sual verirsiniz, indi mənlə də danışsınız, bir federal zaviyəsindən necə suallar, indi biraz da düz da federalçılar nə cür İstiqlal məsələsindən o mənfi nöqtələri haradır deyə, o sualları da təbii ki, dostlara verməyiniz lazımdır və cavab almaq lazımdır. Hər halda təşəkkür edirəm, əla idi mənim üçün də. Mübahisə elədik, biraz da gözəldir və ən mühümü olan bir demokratik və dostca dildən eləyə bildik, ixtilaflı fikirləri bir-birini ortaya qoyub və danışa bilək. Öz bir qazancıdır bizim üçün və yalnız bizim hərəkat üçün hər kim dinləyirsə bilir ki, bu iki fərqli düşünən insan da eləyə bilər, normalca, insanca, mədənicə danışa bilsin və başqa, yəni qeyri-demokratik rəftarlara gərək yoxdur filan. Hər halda təşəkkür edirəm Ərzaddan və sizə bu işinizdə uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm.